Selamun aleyküm. Salam əziz və hörmətli dostlar. Mən çalışıram ki, dostlardan biraz çağırım, dəvət edeyim, gəlsinlər, şahid olsunlar, imkanları olsa qulaq assınlar söhbətlərə. Bu günləri taza bir parti ilə söhbətimizə başlayacağıq. Amma görək ki, nə olacaq? Yəni amması indi açıqlaram. İcazə buyurun, mən dostları qonaq dəvət edeyim, gəlsinlər proqrama və habelə sizlərdən də xahiş edeyim ki, dostlarınızı dəvət eləyəsiniz, təşrif gətirsinlər. Bu gün biraz tez başlayamışıq. Qonağımız vaxtlərinə görə o biraz əsnək çox, yəni biraz zamanı dostlarımızın, partilərimizin liderlərinin vaxtına görə dəyişdiririk ki, onların da zindicanlığına çox zərər vurmayaq. Hər halda bilirsiniz ki, bizim insanlarımız işləyirlər, zəhmət çəkirlər və işlərinə, güclərinə çox müzahim olmayaq deyə çalışıram ki, eyni halda müsahibəni də elə o cürsə aparaq ki, şey olsun. İcazənizlə dostumuz mənə öyrədib ki, buna görə ki, müşkül gəlməsin, bir çəpik çalaq. Mən bir çəpik çalım və proqramı təzəşdən oradan başlayaq. Qonağımız da gələndə görürük nə olur. Salam əziz və hörmətli dostlar. Mən İnsaf Əli Hidayət Düşüncə Bağı proqramını aparıram. Biz bu proqramda belə bir, yəni canlı bir yayında bu qərara gəldik ki, əgər bir dövlətlər bizim arxamızda deyirlərsə, büdcə vermirlərsə, biz 100 nəfərlik, 200 nəfərlik, 1000 nəfərlik düşüncə otaqları düzəldək, özümüz, öz iradəmizə bağlı, tək nəfəri də olsa düşüncə otaqları düzəldək, amma düşüncə otaqları üçün dünya üzərində proje ilə gedərlər, biz də proje ilə gedək. Yəni deyək ki, biz proje tərif elədik. Dedik ki, bu otağı açaq, adını qoyaq Düşüncə Bağı. Dedik, niyə Düşüncə Bağı olsun? Buna görə ki, düşüncə otağı olanda elə bir çərçivədir. O otaqdakılardan sonra heç kəsin sözünə baxmaq olmaz və bəlli dedək, o otaqda neçə nəfər onun sözünə baxmaq olar, ya otaqda neçə nəfər var. Amma bağ olanda bağın bəlkə divarı olmaz, açıq olar hamıya. Bəlkə hər cürə gül var, hər cürə ağac var, hər cürə tikan var. Su da var, daş da var, gül də var, ağac da var, quru ağac da var, yaş ağac da var, meyvə verən ağac da var, meyvəsiz ağac da var. Bunlara görə bunun adını qoyduq Düşüncə Bağı. Projesini də bu cür tərif elədik ki, birinci aşamada Güney Azərbaycanın siyasi partilərin və habelə İranda yaşayan Türk millətinin siyasi partilərindən dəvət eləyək. Bura gəlsinlər, öz düşüncələrin, öz anlayışların, öz siyasətlərin, öz yol xəritələrin, öz amacların, öz ideolojilərin, fəlsəfələrin bizlə ortaya qoysunlar. Biz görək ki, partilərimiz Güney Azərbaycan, İran, Türklər, dünya, Türk dünyası, qonşular və haqda nə düşünürlər? Və necə düşünürlər və necə o düşündükləri yerə bizi götürməyi istəyirlər. Bunun da üzərində partilərdən dəvət elədik. Azərbaycanda olan partilərdən, Qəşqaistanda olan partilərdən birindən dəvət elədik. Və 12-13 parti oldu üst-üstə. Bunlardan ikisindən xaric hamısı dedi gələcəyik. Amma yolun ortasında hərə bir dəlilə görə, bir neçəsi bir dəlillərə görə gəlmədilər. Hərəsinin özünə görə bir dəlili ola bilər ki, biz bəlkə onu bilməyək. Mən indi bir qonağımızı gözləyirəm. Əmir bəy Mərdani cənablarını göndərəm. Azərbaycan Öyrənci Hərəkatı Başqanını gözləyirəm. Azov. Umaram ki, təşrif gətirəndə mənə buradan xəbər versinlər. Çünki bilmirəm ki, hangi ID ilə gələcəklər. Təşrif gətirəndə. Mən biraz tez gəlmişəm. Dostlar, bildiğiniz kimi bizim siyasi partilərimiz profesional deyirlər. Yəni partidən hüquq alıb
partinin personeli işləsinlər, pul alsınlar, belə bir şey yoxdur. Bu siyasi partilərin düşüncələri var. Çox fədakar insanlardılar, çox fədakar. Canlarından, mallarından, başlarından keçən insanlardılar. Xüsusən ki, o yerdə ki, bir şey tabudur toplumsal olaraq, dövlət tərəfindən, qanun tərəfindən tabudur. Amma siz onun üstündə dayanırsınız və tabanı sındırmağa çalışırsınız və milləti o haqda ayıtmağa çalışırsınız. Bu böyük bir fədakarlıqdır. Ərz edeyim ki, bunun üzərində bunlar amma eyni halda ailələrin keçirdən insanlardılar. Yəni gedirlər eşikdə işləyirlər. Birinin dükanı var, birinin işi var, biri taksi sürür, biri əmələlik eləyir, biri məsələn mən treli sürürəm, o birisi filan iş. Biləsi, hərəmizin bir işimiz var yəni. Biz o işimizin yanında siyasəti aparırıq. Və buna görədir ki, müvəffəqıq. Yəni, əgər fərz edin ki, bizim siyasətçilərimiz bu imkanları olaydı, mali imkan olaydı, bir dövlətləri tapılaydı dünyada, ya öz millətimizin sərmayədarları, milli sərmayədar düşüncəli insanları, ya elə öz millətimiz hərə cibindən, əlindən gəldiyi qədər öz gələcəyinə sərmayə qoyuydu. Deyirdi ki, 3 tümən, 5 tümən ayda qoymaq mənə bir şey eləməz, amma bu yığışanda İran dövləti ildə bizdən milyardılar dolar, Güney Azərbaycanlardan milyardılar dolar, yəni yüzlər min milyard tümən bizdən maliyyat vergi alır. Onunla güclənir, bizi əzir. İndi nə olar, məsələn, biz hərəmiz ayda 1000 tümən belə qoysaq, 1000 tümən. Böyük pul elər ilbaşı partilərimizə. Ki, nə sərmayə qoyuruq ki, bunlar güclənsinlər, 24 saat işləsinlər, 24 saat fikir verəsinlər, mütəxəssis tapsınlar, gətirsinlər, işləsinlər, vətənimizə yol göstərsinlər. İndi bu yoxdur. Olmadığı üçün bizim parti başkanlarımız, partidə çalışanlarımızın tək-bətəki işləyirlər. Bilirsiniz, məmləkətdə olanda biz atadan, anadan bir sirvət qalır bizə. Məmləkətdə olanda uşaqlıqdan dili öyrəşirik. Uşaqlıqdan sistemi də, qanunu da öyrəşirik. Gəlgedi də öyrəşirik. Yaxçı pişi də öyrəşirik. Hardan pul ala bilirik, hardan çıxada bilirik, idarələrə gedəndə nə cür eləyə bilirik, nə cür eləyə bilmərik. Hər şeyi öyrəşirik yəni. Savadımız olur, danışqaha gedirik, təxəssüsümüz olur, dükanımız olur, bazarımız olur, iş sahibi oluruq. O zaman ki siz xariciyə köçürsünüz, dostlar, bunların hamısı sıfır olur. Sıfırdan da aşağı olur. Çünki lala dönürük. Sıfır o zaman ki lala olmayasa danışasan. Bir dana 5 yaşında uşaq, bir dana 2 yaşında uşaq bizdən yaxşı olur. Çünki dili var, danışa bilir, deyə bilir ki, mən suyu istəyirəm, çörək istəyirəm. Xariciyə gələn birisi ki, xüsusən siyasi bir insan ki, amacı yoxdur xariciyə gəlsin. Məcbur onu vətəndən didərgin salırlar, o dili də başarmır. Bilmir nə cür gedərlər, nə cür gələrlər, nə cür işlərlər, savadı heç oldu, təxəssüsü heç, hər şey heç oldu. Zindecanlıq getdi 100 qat əşaya. Dedim 2 yaşlı uşaq, doğulan uşaq burada bizdən güclü olur. Yəni biz bunu diqqət eləməliyik. Bununla belə bunların hamısı burada çalışırlar. Yəni 1000 dana zəhmət ilə çalışırlar. Bir tişə çörək ailələrinə çıxadarlar, ailələrin başı ucaqla çatdırarlar. Eyni halda milləti düşünürlər. Vaxtlarını ora qoyurlar. Bir dəqiqə vaxt tapanda onu eləyə bilər. Hamıya tay gedər, dəniz qırağına, gedər kefinə, gedər sinemasına, teatrına, musiqisinə, restoranına, filanına. Amma bu oturur yazır, bu oturur danışır, bu oturur düşünür. Onu qonaq çağır, bunu qonaq çağır. Otur ondan bu fikri danış, o fikri danış, o düşüncəni danış, telefonundan $100 ayda yadıma gəlir. Bəzən biz burada dəqiqəsinə az qalırdı, $1 verək. Mən yadıma gəlir ki, 43 sent vermişəm dəqiqəsinə. Ki, məsələn, ya Türkiyə ilə danışam, ya Azərbaycanla danışam, ya vətəndə olan biri ilə danışam. Məsələn, görürük ki, ayda $400, $500 mənim onda telefon pulum olurdu. İndi internet bunu azaldıbdır. Yəni, biz beləsi, siyasilərimiz beləsi çalışırlar. Bunun yanında da vaxt qoyurlar. Bəzən bunların, məsələn, Əmir bəy Mərdani cənabları bugündən qonağımız olacaqdır bir həftə boyunca. Məsələn,
bunun işi ya gərək sübh mən məsələn Toronto vaxtı ilə saat 4-də, 5-də yuxudan duram, gələm onu danışıram çünki o zaman vaxtı var idi. Ya da indi biraz saat 8-də fikirləyirəm, ya 8:30-da indi. Onda gərək gələm danışdıram. Ta məsələn 2 saat onun vaxtı olacaqdı ki, danışsınlar sayın Mərdani cənablarını. Və biz bu vaxta görə əsnəklik olmalıdır. Yəni indi sabah da bu zaman ehtimalən danışacağıq. Bir gün işləri vardı, işə gedəcəkdi, işləmək üçün eləyə bilməyəcək gəlsin. Bir gün məsələn biraz beyvaxt danışacağıq. Yəni bundan 1 saat daha sonra, bəlkə 1 saat yarım sonra danışacağıq. Onun üçün bizim dostlarımız zəhmət çəkə-çəkə siyasidirlər. İranda dövlət kimi ya İran Farsları Partisi kimi vizarəti keşvərin büdcəsindən büdcə almırlar. Bunlar heç dövlətdən yardım almırlar. Bunlar ürəkləri ilə. Onun üçün mən bunların heç birisini müttəhəm eləyə bilmirəm. Cilayə edirəm ki, niyə gəlmirsiniz, gəlin danışın, düşüncələriniz varsa düşüncələrinizi deyin. Bu cilayəmdir. Amma bu üçü deyim, niyə sən işləyirsən bunu demirəm. Çünki deyirəm, adam işləyir. Mümkündür mənim xoşum gələ, xoşum gəlməyə düşüncəsinə. Amma adam bir siyasi iş görür. Bu çox önəmlidir. Zahirən Azoxdan sağ olun, gəldiniz. Tamam, təşəkkür edirəm. Mən sizi çağırırım. Və bunlar çox sayğılı insandılar. Millət düşünən insanlardılar. Salam aleyküm. Selamlar, hörmətli Səfər bəy Hədayət. Hər vaxtınız gözəl xeyirli olsun. Hər vaxtınız xeyirli olsun. Xoş gördük. Necəsiz? Yaxşısınız? Təşəkkürlər və sonra biraz gec də gəldim, yəni vaxtında gəldim amma aşağıda gözləyirdim ki, dəyərli söhbətlər. Tamam. Mən müqəddimə danışdım. Yəni ürəyimizdən xəbər verici söhbətlərinizdən dolayı istəmədim söhbətlərinizi qət edeyim. Sağ olun, var olun. Təşəkkür edirəm. Çox sağ olun. İcazətlə bir qısa balaca bir 4 dəqiqəlik də bir müqəddimə deyim, davam edək. Dostlar, bu projenin əsasında biz partilərdən dəvət elədik. 11-12 partilərin hamısından dəvət elədik. Cənab Sehriqani dedi, mən içəridən eşitdən soruşacağam, cavab verəm. 4 aya yaxındır cavab verməyiblər. Çox müəddəbanə dedilər, gəlməyəcək. Amma mən bunu ədəbdən çox cəsarət eləyib deyəcəyim ki, ideoloji boşluğu olaraq gəlmədilər. Yəni 500 dana sual ideoloji suallardır. Bunlara cavab verə bilmədikləri üçün gəlmədilər. Umarım gəlsinlər və bu mənə desinlər ki, sən iştibah edirsən. Yəni gəlməkləri ilə belə elə bunu deyərlər ki, iştibah edirsən. Amma ondan sonra bir-iki təşkilat dedilər ki, gələcəyik, gəlmədilər sonra. İndi bir-bir gedirik. Güney Azərbaycan İstiqlal Partisindən Salih bəy Yıldırım cavabları 500 sualımızı 500-ünə cavab veribdi. 10 cələsədə 11 cələsədə cavab veribdi. 10-unda milli ərdəmli, yəni 100 alıbdı hər gün, hər 10 günün hər günündə milli ərdəmli, birində 50, yəni ən ərdəmli unvanını qazanıbdı. Əjdər bəy Təqizadə cənabları Güney Azərbaycan Demokratik Türk Birliyi Təşkilatı tərəfinin başqanı olaraq demişdilər gələcəklər, gəlmədilər, sonra müavinlərin təyin elədilər, o da gələ bilmədi və hər gün 10 mənfi mütəəssifanə umaram ki, gəlsinlər və mən yenə də bunu da ideolojik boşluğa edirəm, yoxsa bir başqa dəlil görə bilmirəm. Yunus bəy Şamili Azərbaycan Demokrat Partisi müşaviri olaraq 6 cələsə gəldi. O birində 50, yəni ən ərdəmli, o birisilərdə milli ərdəmli, yəni 100 aldı o günlərdə. Amma o gündən bu günə feylən ki, gəlməyiblər. Hey də deyirik, umud edirik gələ. Amma insanların bəzisi zahirən mikrofon əlaqələri var. Deyirlər ki, mikrofon olsa danışarıq, olmasa yazıb ya danışıb göndərə bilmərik. Belə bir müşkülümüz var zaten. Azərbaycan Mərkəz Partisi lideri Salih bəy Kamranı cənabları 5 cələsə gəldi. Eyni halda dostlar, televizyondan bizim programı, bu programı həftədə hər gün 2 dəfə yayırlar. Və hətta dostlar mənə içəridən eşitdən dedilər ki, elə bir yaymırlar. Mən özüm getdim, baxdım, gördüm ki, yaymırlar. Bir ayrı bir şey var. Yazdım, dedilər ki, yox, yayırıq, amma məhərrəmə görə biraz ayrı program var, ondan sonra yayırıq. Yəni bir yarım saat sonra yayırmışlar. Gecə 12-5 dəqiqədə məmulən yayırdılar. Məsələn, gecə deyək ki, 12:40-da, 12:50-də ya 1-də yayırmışlar. Sübh də Təbriz vaxtı ilə. Sübh saat 8 yerinə, məsələn, 9-da yayırmışlar. Məsələn, deyək, biraz geç. Onu da oradan deyək ki, bir xəta eləmişdik. Eldar bəy Qəradağlı cənabları Güney Azərbaycan Milli Qurtuluş Partiyası olaraq tamam 6 günün 6'sını gəldi. 6'sında da milli ərdəmli
unvanını qazandı. Sonra da başlayıblar, göndəriblər və biz onları hazırlıyoruz ki, video olaraq göndərək. Məcid bəy Cəvadi cənabları Azərbaycan Milli Direniş Təşkilatı olaraq gələcəyidirlər, amma mənim səhvimdən dolayı, iştibah məndən olduğu üçün o əməkdaşlıq qurallarını göndərmədiyim üçün onlar dedilər qəbul eləmirlər və bir də 4-5 gün tez dedikləri üçün gəlmədikləri üçün də onlara mənfi nömrə verə bilmədik. Sonra Haşim bəy Bilgini çağırdıq Cüneyi Azərbaycan Liberal Demokrat Partisinin 2 gün təkiş-bəkiş ilə danışdıq, amma hər iki tərəfli günahı yıxmıram heç kəsin başına, hər iki tərəfli problemlərimiz ola məcbur olduq 3-cü gün danışıqları bağladıq, amma yazılı olaraq sorulara cavab versələr, kitab eləyəndə kitab elər. Mahmud bəy, sonra Sadıq İsabəyli cənabları Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi tərəfindən 5 gün təşrif gətirdilər. Hər 5 gündə milli ərdəmli unvanını qazandılar. Söz veriblər ki, cavab versinlər. Umaram ki, keçən bir ayda cavab verməyiblər. Umaram ki, cavab versinlər. Güney Azərbaycan Demokrat Partisi tərəfindən Mahmud bəy Bilgin, yəni başkanı olaraq 3 aya yaxın idi, xəbərdar idi ki, bu cələsə vardı, vaxtını da bilirdi, sualları da bilirdi, əməkdaşlığı da bilirdi. Amma hər nədən dolayı istəmədi gəlsin və o gün də ki, gəldi, dedi, mən yox, sizin suallarınıza cavab vermirəm, mən 5-6 dana sual soruşdum, gedirəm. Yəni ki, oynamıramdır. Yenə də mən bunu ideoloji boşluğu görürəm. Ərz edeyim ki, 60 nömrə mənfi, hər gün 10, 60 nömrə. Döktür Məhəmməd Hüseyn Yahyaya Azərbaycan Firqə Demokrat Firqəsi tərəfindən, Milli Hökumətin, yəni partisi tərəfindən sözcü olaraq huzur tapdılar. 6 gün, 6 gündə milli ərdəmli qazandılar. Görək ki, onlar nə cür davam eləyəcək ki, umarım yazalar ya da səsli cavab göndərərlər. Bu gündən dostlar, Əmir bəy Mərdani cənablarının huzurunda görürsünüz, təşrifləri buradadır. Azərbaycan Öyrənci Hərəkatının başqanıdırlar. Çox xoş gəlmişsiniz. Təşəkkür edirəm. Var olun, sağ olun. Bərnamə çox bilirəm, yaşam çox ağırdır. Siz də işlə məşğulsuz, güclə məşğulsuz. Onun üçün zamanlarımız biz əsnək olacağıq sizinlə. Hər zaman olursa olsun. Önəmli budur ki, sorulara cavab almaq çabasında olaq, cavab vermək çabasında olaq. Siz buyurun bir salam əleyk edin dostlarına, sonra mən başlayayım. Çox sağ olasın, hörmətli Hidayət bəy. Bütün yoldaşları da salamlayıram. Sayğılarımı sunan bağışlar mənə. Səsim hərdən tutulsa, bir soğuk dəymə də keçdirmək ərəfəsindəyim. Ona görə sağ olun. Səsim yaxşı gəlməsə, qüsura baxmazlar. Minnətdarlığımı bildirirəm başda olaraq hörmətli Hidayət bəy sizdən bu dəyərli fürsəti bütün təşkilatlara yarattığınız üçün və yeri boş görünən bir məsələdir, məqam. Təbii ki, bundan daha qat-qat çox olmalıdır belə bir məsələ. Bu hər zaman biz demişik ki, biz ittifaqın sual və cavabdan yanayıq. Bu sual-cavabda bu eləşdirilərək ki, eləyə bilər məsələ daha çox şəffaf ortaya çıxır. O bir yandan da hörmətli bizi izləyənlər, həm indi ələn izləyənlər, həm sonra bizi izləyənlər, dinləyənlər, bütün vasitələrlə salamı və sayğılarımı sunuram. İzninizlə 2 dənə mən məsələyə toxunum, hörmətli Səfəri bəy. Birincisi, qonudan xaricdə əslən və tamamən də bəlkə qonuya mərbut olan yoldaşlar bilirlər, indi ələn bizim zindanda olan dəyərli milli fəallarımız vardı, yoldaşlarımız vardı. Özəlliklə evin zindanında Tehranda hörmətli Əzimi bəy artıq bir aydan çoxdur etisab azadadırlar, hörmətli Tahir bəy Nəqavi də hakimsə, Murtəza Pərvin bəy və digər yoldaşlar. Son zamanlarda buraxılan yoldaşlarımız da vardı, hörmətli Vədud bəy Əsədi, hörmətli Sadar bəy Tahir Əfşar və digər milli fəallarımız, amma bunların da dosyaları ilə evin zindanındakı olan dosyaya mərbutdur. Eşitdiklərimizə görə təbii ki, sizlər də bildiyiniz kimi Qazi Sələvati Pərvəndənin öhdəliyini götürübdür. Qazi Sələvatini tanıyanlar da bilirlər ki, nə cür qəddar və cani birisidir və görünən odur ki, bir ağır həbs dalğası gələ bilər gələcəkdə, əgər milli hərəkətdə bir susqunluq olursa. Özümə borc bildim, bunu ərz edən yoldaşlara ki, eləyə bildiyimiz qədər onların xəbərlərini paylaşaq, yayaq və bu məsələni ki, onlara ağır həbs verilməsi gələk önü kəsilsin. Yəni, dərhal azad buraxılmalıdır ki, o heç, ancaq yəni, ağır həbs də əgər Allah eləməmiş verilmiş olsa bir həbs ilə bilələrinə, o ağır olmamalıdır. Bunu da vurğulamamız gərəkir. Bu birinci məsələ istədim, borc bildim özümə. İkinci məsələ də hörmətli İnsaf Əli bəy, siz o quralları buyurun göndərmişdiniz. Məsələn, fəqət ərz edəyəm ki, indi bəri başdan ərz edəyəm. O quralların içində mənim öz bəzi çatışmazlıqlar var mənim üçün bəzi şayad o qədər qəbul eləmədiyim ya biləmə sual olmuş məsələləri var, məqamları var, ancaq
zənnimcə daha yaxşı olardı ki, gələm elə burada. Birlikdə əminəm ki, biz çox gözəl birlikdə qabağa apara biləcəyik proqramı. Mən quralları sındırmayacağım, amma çalışmazlıqları olursa da onları izninizlə sizə ərz edəcəyəm. Bir də suallarda da bəzi suallar mən çalışdım ki, bütün hamısına bir göz atam. Bəziləri mənə naməfhum idi. Yəni o qədər məfhum ola bilmirdi ki, mən sual o cavabı da verəm. O zamanı gəlinci zaten sizdən istəyəcəm ki, olursa bir də daha çox da izahat buyurasınız suallara bağlı. Bu qədər. Close. Mən icazə elə quralları oxuyayım buradan ki, qurallar nədir? Həm dostlarımız bilsin, çünki biz bu hər videonun əvvəlində bunu deyirik ki, dostlar həm məsələn qonağımız təşrif gətiriblər, onlar bilsinlər, yəni oxumasalar da bilsinlər, cənabınız oxumusunuz. O çox mühümdür ki, deyirsiniz ki, mən oxumuşam, bir şeylər burada mən ya anlaşılmadı, ya düz gəlmir məndən, bəlkə etirazımı da elərəm, çox gözəldir. Amma bəzi dostlarımız oxumurlar, onu da oxuyaq. Bir də ki, qulaq asanlarımız var. Onlar da bilsinlər ki, biz hangi çərçivədə gedirik. İcazənizlə mən onu sürətlə bir 5 dəqiqədə fikir edirəm ki, qurtarırım onu. Düşüncə bağı otağının iş quralları. Əziz və hörmətli Güney Azərbaycan siyasi təşkilatlar mənsubları, salamlar və saygılar. Güney Azərbaycan Düşüncə bağı otağına xoş gəlmişsiniz. Düşüncə bağının iş quralları. Əlif, İnsafəli Hidayət tərəfsiz olaraq bu otağı idarə edəcək. B. Sizlərdən soruları İnsafəli Hidayət soracaq. T. Sizlər İnsafəli Hidayətdən soru soramazsınız. Əgər vətəndaşlardan qonu haqda sorular gəlirsə, adı bəlli olan vətəndaşlar soru sora bilir və Hidayət o soruları sizlərə yönəltir. Hər kəs təşkilatında olan yer ya mənsubiyyəti və soy adı ilə xitab olacaq. Hər siyasi təşkilatın vaxtı o təşkilatın sorulara cavab verdiyi qədərdir. Mümkündür oturum 1 saat ya 4 saat olsun. Burada 5 saat yazmışıq. Əgər sorular və cavablar bir gündə 4 saatda bitməzsə, ara düşmədən və ardı kəsilmədən 2-ci, 3-cü, 4-cü, 5-ci və 6-cı günlərdə davam edəcəkdir. Soruların cavabı olduqca xülasə və müstəqim olmalıdır. Bunun təşxisi İnsafəli Hidayətə bağlıdır. Əgər parti mənsubları suala cavab verməkdən qaçınırsa, ya cavabda haşiyəyə gedirsə, İnsafəli Hidayət qonağın söhbətini kəsib, sorunu yenidən soracaq. Soruların cavabı qane edici oldu ya olmadı, İnsafəli Hidayətin təşxisinə bağlıdır. Qonaqların sonuncu cavab haqqı var. Soruda və cavablarda heç bir şəxsə və təşkilata ədəbsizlik, acı söz, pis sifətlər verilməyəcək. Əgər cavablarda hər bir birəyə ya təşkilata tohin, iftira, təhqir və mənfi sifətlər dilə gəlirsə, o fərd və təşkilata cavab haqqı veriləcək. Həmən birey ya təşkilatın haqqı var, aynı zamanda söz alıb cavab versin, ya gələn oturumlarda huzur tapsın, cavablasın. Tohin, iftira, təhqir, kötü sifətlərin təşxisi adı çəkilən bireylər və təşkilatlardan əlavə İnsafəli Hidayət elədir. Əgər düşüncə bağının qonağı bir şəxsin adını çəkib ona ya o bağlı olan təşkilatı tənqid edərsə, ya onlara bir sifət bağlarsa, ya onları sorğu altına alırsa, İnsafəli Hidayət o bireyi ya təşkilatı həmən cələsə ya sonki iclasda cavab üçün dəvət edəcəkdir. Düşüncə bağı otağı ədəb, ərkan, mərifət, sayğı və hörmət üzrə qurulacaq. Əgər qonaqlar hər bireyin və təşkilatın adını gətirmək zorunda qalırsalar, sayğılı, hörmətli sözlər ilə o bireyi və təşkilatın adını səsləndirəcəklər. Otaq başlanandan sonra dək hər qonağın mənfi və sayğısız sözləri bir mənfi nömrə hesab olub elan olacaq. Hər iclasın sonunda sayğısız sözlərin sayı üzərində mənfi nömrənin sayı elan olacaq. Beləliklə, o fərd və təşkilat mənfi nömrə ilə tanınacaq. Mənfi nömrəsi az olan ya əslən mənfi nömrəsi olmayan təşkilat və onun mənsubu ən üst rütbədən milli ərdəmli, ən ərdəmli və ərdəmli sifətlərinə layiq görünüb, topluma və həmən iclasın və sonraki iclasların sonlarında tanıtdırılacaqdır. Tüm təşkilatlarımızın və mənsublarının milli ərdəmli olmalarını dilər və hər birindən özlərin millətimizə ən gözəl, ədəbli, ədəbi və siyasal sözlər ilə və xülasə olaraq tanıdılmasını rica edirəm. Bu yazı düşüncə bağının iş qurallarıdır və millətimizə sunulacaqdır. Sağ olun, təşəkkür edirəm.
İndi əgər bir çatışmaz yeri var idi burada, buyurun. Bu ki, misal üçün sizdən sual soruşmaz, olmaz. Sonra ola bilər, misal üçün çünki mən geçmiş verilişləri də izləmişdim. Bəzən görürsünüz, diyaloqa keçirilir. Təbii olaraq, yəni sözün gəlişi olaraq. Çünki burada yazır, yəni hüquqi olaraq sual soruşmaz deyilir. Səndən ki, orada sual soruşula da bilər bəzi vaxtlar. Yaxud bir bəhsin kafi olub olmadığını, təbii ki, siz aparıcı olaraq təbii ki, siz təşxis verirsiniz və daha təşxisi bəlkə millət verə biləcək. Bilirsiniz, biraz bu məsələlər. O başlıqdır. Yəni burada bir quralla gedirik. Yəni ki, normalda bu cürdür. Dünya normunda, mesela mən indi bunun bir videosunu, bu Trump'la şey ki, münazir eləyəcəklər. Bir dənə gözəl sistem yaradıblar ki, Güney Azərbaycanda biz bunu öyrənməliyik. Deyir ki, sual sorulacaq, cavab 2 dəqiqədir. 10 saniye qalanda çıraq başlayacaqdı sarı. 5 saniye qalanda qırmızı, 3 saniye qalanda 1 saniyede kəsiləcək səs. Da siz danışsanız o birisinin cavabına gedir, o birisi cavab verəcək. Yəni bir dənə adilanə bir sistem qurmaq. Eyni halda suala cavab vermək istəyirlər. Yəni o tərəfə deyir ki, sən məndən sual soruşmursan, mən sizdən sual soruşuram. Siz cavab mozil. Ələn cənabınız burada, məsələn, məndən müsahibə eləməyə gəlməmisiniz. Yox, tamamən kamilən qəbul edirəm və kamilən anlayıram. Amma budur deyil ki, siz sual əsla eləyə bilməzsiniz. Yəni sual soruşmaq... Yarı zarafat, yarı zarif. Yəni, hərdən soruşacaq. Təbii ki, təbii ki. Çox sağ olun, təşəkkür edirəm. Düşüncənizi də ortaya qoydunuz. O da çox gözəl. İndi icazə buyursaq soruları başlayalım. Hər zamanda vaxtınız sizin gördünüz ki, vaxt qurtarır ya istəyirsiniz gedəsiniz. Buyursaz, orada elə sualları qət elərik. Heç göylü rahatlıqla təşrif apararsınız, gələn cələsədə devam edər. Bunu da özür diləməliyim. Həm elə cənabınızdan, həm izləyicilərimizdən. Çünki bu 4 saata bölünübdür. Bəzi məsələdən şəxsi həyatdan asılı olaraq bəzi saatı dəyişikliyi olmuşdur ki, çox təşəkkürlər və anlayışınız üçün. Sağ olun. Xeyr, bu şeydir, yəni biz insanlarımızı zora çatmağa salmırıq. Yəni bilirik ki, yaşam çox çətindir. Çox çətindir. Onun için də insanların yaşamlarına zərər verməyə çalışırıq. Lütfən özünüzü və təşkilatınızı tanıtdırın. Özümüzü və təşkilatımızı tanıtdırım. Mən harada əgər daha ekstra olduğu, az olduğu çoxu lütfən göndərəsiniz söhbətləri. Özümü tanıtdırmamda şəxsi, mən izninizlə balaca bioqrafi versəm, Əmir Mərdani Ağabəyli, Ağabeygili adımdır. Atam və anam, atam Ağabəyli kəndindən olduqları üçün Sulduz şəhərinin kənarında Ağabəyli təxəllüsü oradan gəlir və anam da Həsənli təpəlisidir. Özüm Urmiyə doğumluyam, amma şinasnaməm Sulduzdur, çünki Əmir adı vermirdilər və mən Təbrizdə böyümüşəm. Bir siyasi ailədə də həyatım boya başa çatıb, bir siyasi ailədə doğulmuşam. Sonra həyatımın təqribən 6 yaşımdan, 5 yaşımdan daha hamısını Təbrizdə yaşamışam, ta 25 yaşıma qədər və 25 yaşdan sonra da məcburi olaraq köçüb İsveçdə yaşamaq zorunda qalmışam. O 25 yaşıma qədər də oxuduqlarımı gəlincək Təbrizdə ibtidaini oxumuşam. Ondan sonra Rahnumayeni Tezcanda oxumuşam, Təbrizistanda Tezcanda oxumuşam, Piş danışqanı Tezcanda oxumuşam. Sonra danışqa Təbriz sərasərdə bərq elektronika çıxmışam, oxumuşam onun mühəndisliyi. Sonra gəlmişik xaricə. Xaricdə də Çalmir danışqanında fövq lisansını oxumuşam, mühəndislik pezeşdi. Siyasi fəaliyyətlərimi gəlincək də azdan çoxdan siyasi fəaliyyətim təqribən 16-17 yaşımdan başlamışam. Əlbəttə, bunların hamısını bəzi yoldaşlar bilirlər, sitədə də var da gedib sitədə də baxa bilərlər. Çox insan xoşlanmır bunları deməklə. Siyasi fəaliyyətim daha çox danışqağa girməklə daha çox aktiv olubdur. Siyasi həyatıma gəlincə 6 dəfə tutuqlanmağım olubdur. İndi gəlib aparıb filan zindana getməklər. Şansına bütün hər 4 orqanla da bir üzləşməyim olubdur. Həm bəsizlə, həm sipahla, həm Vizarət İttilatla, həm də Neyrintisanla. Bunların birisində 3 il həbs almışam, birisində Basfos 5 il həbs veribdir və son dəfəsi də 1388-ci ildə 25 xordada tutuqlamağında ki, ola bilərdi hətta şayət bəzi məsələlərdən asılı olaraq ağır həbs olar, hətta şayət edama qədər gedər, çünki o zaman bizə terroristi əməliyyatın hökmü vurmuşdular.
Və sonra siyasi həyatım xaricə gəldikdən sonra da elə həmin keçmişdə olduğum təşkilat Azov təşkilatında idamə tapmışdır və indiyə qədər də davam edir. Bu arada bəzi ayrı təşkilatlar təşəbbüsündə də huzurum olmuşdur. Birinci konseyin forumunda iştirakdan tutun ta gəlin İsveçdə Azərbaycan Kültür İdman Dərnəyinin başqanı olaraq da bir ayrı məsələ. Misal üçün Güney Azərbaycan Sığınmacılar Yardımlaşma Mərkəzi var Türkiyədə. Onun da hörmətli Arif və Mukaddes bizim Türkiyə təmsilçimizin başçılığı ilə. Onda da bir yardımlarım keçmişdir. Bu qədər. Şəxsi olaraq bu qədər fikrəm yetərli olmuş ola bilər. Tamam. Yəni əgər istəsəz yəni ayrıca da izafə Sağ olun. məlumat ərz edə bilərəm. Amma təşkilata gəlincə təşkilatın ərz edirəm daha çox ətraflı məlumatları web sitələrimizdə vardır. Yoldaşlar gedib orada baxa bilərlər. Bütün ətraflı bizim haqqda bölümü vardır və bizim haqqda bölümündə bütün keçmişdən indiyə qədər tarixçəmiz yazılmışdır. Amma xülasəsini ərz edən dəyərli bizi izləyənlərə 1384-cü ilin sonlarından qeyri-rəsmi şəkildə yaranmış bir təşkilatdır, bir iddia öyrəncilər əli ilə və 1385-ci ilin son aylarında, yəni təxminən mehr və aban aylarından rəsmi olaraq fəaliyyətə başlanan bir təşkilat. Təxminən demək ola bilər bir etibarla rəsmi halətdə 18 illik bir təşkilatdır Nələn Azov. 1388-ci ildən sonra dışarı qoruda olmuşdur. Yəni fəaliyyətə başlanmışdır və indi hələ bizim misal üçün İsveç təmsilçiliyimiz var, Türkiyə təmsilçiliyimiz var və bəzi yerlərdə də qeyri-rəsmi təmsilçiliklərimiz də vardır. Bu təşkilat bu uzun illərin içində bəzən də tutuqlamalara məruz qoyulmuşdur. 1387-ci ildə biz toplu olaraq Mərkəzi Şuramız tutuqlamalara məruz qaldı. Mən də onlardan birisi olaraq 6 yoldaşımız toplam 18 il həbs aldıq ki, ondan sonra təşkilatda bir qara dəyişikliklər yüz verdi və o dəyişikliklərdən sonra 1389-cu ildən demək ola bilər yeni formatla Azov daha fəaliyyətini qabağa aparmağa qərar verdi. Bu yeni formatla bəzi təşkilatın içində olan bəzi düzənləri yenidən qurmaq idi, əmniyyət məsələlərini və təşkilatın formatını filan. Və indiyə qədər də millətimizin qulluğunda var. Mən tarixim ta az zaman içində daha özəl şəkildə deyəm ki, Sağ olun, təşəkkür edirəm. Azov öyrənci hərəkatı adı var üstündə bunun. Yəni öyrəncilərdən ibarətdir, yoxsa öyrənciləri hədəf tutan bir təşkilat? Sağ olun, hörmətli Hidayət bəy. Bu əslində çox sorulan bir sualdır. Özəlliklə o ilk illəri daha çox sorulur. Azov yaranışına gəlincə 1384-cü ildə bizlər o zaman mən daha səmimi və açıq danışıram. Çünki bir fürsətdir ki, bu təşkilata gəlib özlərini tanıtdırsınlar. Və nə yazıq ki, indiyə qədər olmuyordu. Bir ilginc bir məqamdır bu. İndiyə qədər bu qədər bizim medialarımız var ki, sayğım sonsuzdur hamısına. Əllərinə gələn əsirgəməyiblər, bilirəm də. Və bəzi proqramların yeri uzun zamandır boş görünür və vaxtı boş görünür, xop gəl bir dola da, biz o gələ dolsun bitərək. Hər halda. Bizlər cəmiyyət təşkilatında olanlar idik o zaman. Bir cəmiyyətin öyrənciləri demək ola bilər. Ya öyrəncilər ki, cəmiyyətə üyə idilər. Biz çox öyrənci idik. Və belə bir qərara gəlindi ki, bu öyrəncilər daha yeni bir formatda fəaliyyət eləsinlər. Eyni halda cəmiyyətdadırlar, eyni halda biraz da müstəqilliklərini qorusunlar. Və bu idə Cəmiyyətin tərəfindən belə bir qərar verildi, yoxsa öyrəncilər özləri? Dolayısıyla da cəmiyyətin tərəfindən, yəni Mərkəzi Komitə tərəfindən, axı biz elə onda cəmiyyətin üyələri idik. Təbii olaraq da elə cəmiyyət olaraq belə bir qərar verildi. Təşəbbüs o tərəfdən təbii olaraq. Ancaq bu zaman içində daha çox bu Azov eləyə bildi özdən yeni neyrolar və kadrlar cəzb eləsin öyrəncilərin içində. Və bu daha genişləndi. Hətta elə millətin içindən, yəni sırf öyrəncilər yox, millətin içindən. Bu axın gəldiyindən sonra bu ki, daha çox müstəqil şəkildə bu Azov fəaliyyətini davam etdirməsi düşüncəsi daha çox gücləndi. Bu Azovun öz içində olan yoldaşların içində. Və nəhayət biz hətta 1385-ci ilin 1387-ci ilin tirində də Azovun əsasnaməsini yazırdıq. Müstəqil olaraq yeni bir təşkilat, tamamilə cəmiyyətdən və digər təşkilatdan ayrı olaraq 86-dan da hətta başlamışdıq əsasnaməni yazmağa. Yəni dolayısıyla yeni bir müstəqil bir təşkilat kimi qabağa gedirdi fəaliyyəti. Və dəqiqən bu sürənin içində siz buyurduğunuz kimi biz başlanğıc adımız Azov oldu, Azərbaycan Öyrənci Hərəkatı. O illərə baxdığımızda o ad seçildi, amma getdikcə daha çox ayrı bir təbəqələrdən, ayrı bir yaşlardan da bizə üyələrimiz oldu. Necə ki, indi ələ misal üçün bizim 60-70 yaşına yaxın hətta üyələrimiz də var, hətta Mərkəz Komitəmizdə. Bu adı biz dəyişdirmək məcburiyyətində idik. Ancaq bir tərəfdən də həm bu Azovun binövrəsini qoyanlara bir sayğı göstərmək adı ilə, ayrıca
Bu ad özünə görə bir brendə çevrilmişdi artıq 1388-ci ilə qədər. Bunun dəyişdirilməsi nə qədər etki buraxar ya buraxmaz. Elə çalışdıq bu ad qalsın, amma ondan sonra bir çox izahlarımızda indiyə qədər də cəmiyyət indi tərimin yerində oturub milli hərəkətin içində. Ki bunu izahat verəcək ki, artıq bu ad olsa da bu bir qrup, bir təşkilat olaraq çalışır. Təbii yenə də bizim bir çox üyelərimiz təbii ki, elə gənclərin içindən və dolayısıyla öyrəncilər içindəndir. Ancaq da tam öyrəncisel bir təşkilat deyil. Necə ki, bu hətta bizim əsasnaməmizdə də bu özünü yansıtmışdır. İzninizlə olsa mən bunu hətta oxuyum. Buyurun. Bir bəndimiz var. Buyurun. Bunlar hamısı saytda da var. Əsasnaməmizin misal üçün bənd 2.1-də yazılır. Güney Azərbaycanı türk öyrənciləri əsas tutaraq Azərbaycan tarixi torpaqlarının üzərində və mühacirətdə yaşayan Güney Azərbaycan türklərini bir araya gətirmək, milli birliyi sağlamaq və s. bu hüquqlarda əsasında çalışmaqdır. Yəni öyrəncilərimiz əsas tuturuq, bəli, təbii ki, bütün millətimizə də açıqdır və varımızdır, üyelərimiz. Bu əvvəldə ki başladınız, sadəcə Azərbaycan torpaqlarındakı universitetlərdə çalışırdı, yoxsa İranın başında türklərin içində çalışırdı? Təbii başlanğıcda bu Təbrizdə quruldu bu vaqiyyəti və Təbriz və Urmiyə öyrəncilər əli ilə qurulmuş bir təşkilat 1384-cü ilin sonları və 1385-ci ilin əvvəllərində. Bu Azoğun daha mükəmməlləşməsi, daha formalaşması Babək qalasındaydı. Dəqiqən milli qiyamdan 4 gün, 5 gün qabaq ki, böyük bir toplantı keçirdi Babək qalasında. Bütün öyrəncilər, bütün danışıqlar da gəldi. Bu daha patlaq verdi, yəni daha çox genişləndi. Bu bütün öyrəncilər apardı bu fikri və bütün danışıqlarda özünü çatdıra bildi. Yəni ilk başda orada yaranmış olsa 1387-ci ildə misal üçün biz toplandığımızda biz bu bir bölümlərdə var bu Dağıstanın yazdığı o rapor. Saytda da var, yoldaşlar baxa bilərlər. Özü etiraf edir, yəni Dağıstan öz etirafıdır ki, artıq Azov gedir ki, Şimali-Qərbi İranda ən böyük təşkilata çevrilsin və 10 dənə danışqahı sıralayır ki, bu 10 dənə danışqahda bunlar üyə alıblar, o jürilər, çətələri də var. Bu o biri danışqahlara da gedirlər. O zaman hətta biz Həmədana qədər varımız idi, Şiraz Universitetində varımız idi. Tehran bunlar hələ qalsın. Misal üçün Həmədan çox belə aktiv bir danışqahlardan, yəni öyrənci çətələrimizdən, qruplarımızdan birisi idi. İndi də təbii ki, həmanlar o istiqamətdə qabağa gedir. Öyrəncilər, yəni danışqahlardan çıxıb eşiyə, daha millətin içində bir çox şəhərlərdə də yaygınlaşıb və təbii ki, dışarı boruları da var, dışarı. Çox sağ olun, təşəkkür edirəm. Mən təşkilatınıza görə çox şeylər öyrəndim. Təşkilatı, əlbəttə bu suala da cavab verdiniz o əslində ki, təşkilatı hangi tarixdə qurdunuz, onu cavab verdiniz. Sərfələrini də biraz danışdıq. Amma amac nə idi? Təşkilatı qurmaqdan, Azovu qurmaqdan amac nə idi? Indi burada iki dənə amac var. Bir amac Camacın amacıdır. Camovun amacıdır. Onların bir amacı var. Bir də sizin hərəkatın özünün amacı var. Onları danışsanız çox yaxşı. Həttəmən, hörmətli Səfərli bəy, bu daha ətraflı danışa biləcək bir mövzudur. Bu həm təşkilatçılığın zərurətinə qayıdır, həm də ayrıca öyrəncisel hərəkətin nə qədər önəm daşıdığına. Biz bütün azadlıq hərəkatlarına baxdığımızda fərqli ölkələrdə öyrəncilər həmişə ön sırada olurlar. Təbii olaraq o öyrəncilik çağı, o yeni sən gənclikdən gəlibsən artıq gözün açılır, siyasi dünya ilə tanış olursan, bütün ölkələrdə özünü göstəribdir. Fransadan tutun, İspaniyaya tutun, haranı desəz, İranın özünə şah zamanı baxdığımızda müsəddiq var. Yəni, nəzər, haraya baxsaq, öyrənci hərəkəti həmişə bu tür mühərrikə olubdur. Necə ki, 1374-cü illər ərəfəsində ki, Cənab-ı Zəlisərdə vardı, mən sizin xatirələrinizi o zaman oxuyardım üzərində. Hələ bu söhbətə gəlir, 1382-ci ildə fikirəm, sizin bir gözəl bir xatirə yazmağınız və danışıq qabağında tutuqlanırsınız, sonra sizinə işgəncə edirlər, hətta başınız dəyər cədvələ. Sən bu qədər dəqiq yadımda çox etkiləmişdim mənim özüm. Mən 18-19 yaşım var, çox etkiləmişdim gerçəkdən. Verilən əməklər və onları özəlliklə o, yəni hər zaman mənə taxıladır ki, bu yazmaq. Yəni bu eyni halda işgəncəyə məruz qalarsa, məmulən işgəncəyə məruz qalanlar susanlar, danışmazlar. Və onu cəsarətlə o cür yazmağı, çünki yazdığın boyunu alırsan ki, bir dəfə də aparacaqlar bilən, bəli, o çox mənim üçün dəyərlidir gerçəkdən. Bərnamədə gəlib sizi çağıraq, siz buyurun, siz keçmiş. Təşəkkür edirəm, var olun. Başdan söhbətə gəlir. Bu 1374-cü illər, 1370-ci illərdə də bu milli hərəkəti özünü tamamilə göstərmişdir. Motor mühərriki olubdur şəhidimiz Əmani bəy və digər yoldaşlar o çağda
Cənab Çeliqanın o seçkilər məsələsində eləyə bilirlər çox böyük bir güc ortaya qoysunlar və millətə çox bir yaygınlaşsın bu məsələ. Bu Bəli. dəyərli yoldaşlarımız danışıqdan çıxdığından sonra bu gəp ola bilərli yaransın. Bu gəpi doldurmaq üçün təbii ki, o zaman təslim tutdu və bir çox digər təşkilatlar ki, o zaman təşkilat adı ilə dəyirdilər, amma onlar da o fəaliyyətə cəhd atdılar. Misal üçün, dəyərli dirəniş təşkilatı oradan birisi idi ki, o zaman danışıqlarda başladılar fəaliyyətlərini göstərsinlər. Bunu diqqətə alaraq ki, bu gəp gərək yaranmasın və mütəri mühərrəkə milli hərəkətdə soğumasın, öyrəncilərin mütəşəkkil şəkildə fəaliyyət etməyə çaba göstərilir. Hər kəs eləyə bilər bireysel fəaliyyət eləsin. Cənabız, mən, bütün yoldaşlar eləyə bilərlər bireysel fəaliyyət eləsinlər. Bəli, təşkilatı fəaliyyət heç zaman və heç zaman ölü halında belə 100 nəfər fərdi fəaliyyətdən daha da çox ola bilər gücü. Bunları diqqətə alaraq, təşkilatı düşüncəni diqqətə alaraq, öyrənciləri daha çox mütəşəkkil şəkildə fəaliyyət etməyə çaba göstərdi. O zaman Cəmiyyət Təşkilatı və bu düşüncə gəldi ki, bəli, indi bu öyrəncilər vardılar, milli düşüncəyə sahiblər, hala bizlər düzdür, üyəydıq Cəmiyyətə, bəli, bir çox yoldaşımız da vardı ki, gördük, bunlar heç bir təşkilatı, siyasi təşkilatı deyirlər. Şahid də dolayısıyla olmaq da istəmirlər. Bəli, çox potansiyellidirlər, çox milli düşüncəyə sahibdirlər və bunları mütəşəkkil şəkildə qabağa aparmaq mümkündür. Bu fikir buradan gəldi ki, bəli, bu təzyiq olunsun bu düşüncə. Söhbətə gəlir, bir çox yoldaşımız da, bəzi yoldaşlarımız o zaman müxalif idilər bu düşüncə ilə. Şayad indi də müxalifdirlər. Düşünürlər ki, təşkilatların gələk ayaqları kullən universitetlərdən çəkilsin. Biz buna razı deyilik. Çünki ittifaqən o öyrənci ki, o zamanda zihni tamamən hazırdır siyasi düşüncəyə, fəaliyyətə, ittifaqən o gələk şəkillənsin zihni və bu təşkilatlardan ya birini seçsin, ya bir təşkilat yaratsın. Ancaq təşkilatçılıq gərək ittifaqən o zaman təzyiq olunsun. Nə o zaman ki, danışıq bitəndən sonra ailə başlanır, yaşayış başlanır, çətinliklər başlanır. O zaman təbii olaraq çox çətindir bir də bu yol əvvəldən başlanır. Bunları diqqət alaraq təşkilat formatı çalışmaq qərarı verildi. Çox gözəl. Təşkilatın özü necə? Yəni təşkilatın özünün amacı nə oldu sonra? Aha, az oxum. Bəli. Ərz elədiyim kimi xidmətçisə, başlanğıcın niyyəti o idi. Bəli, çox az zamanın içində bu ərz elədim, bu müstəqillik düşüncəsi beynimizə gəldi. Çünki gördük, böyük bir potansiyel var. Yəni sırf biz qalmadıq elə danışığın içində. Böyük bir şans da gətirdi. Şansımız da 1385-ci ilin milli qiyamı ilə üzləşmək idi. Yəni o milli qiyam böyük bir potansiyel, böyük bir fürsət yarattı bizə ki, birbaşa ilə toplumun içində olaq. Sırf danışığın içində olmayaq. Və o toplumun içində olma, toplumdan da nüvələrin yavaş-yavaş bizə gəlməsi, cəzb etməsi bir düşüncə gətirdi ki, bəlkə elə bir siyasi təşkilat kimi qabağa gedək. Siyasi təşkilatı da qəsd etdiyimdə hədəfimiz və amacımız, necə ki o zaman qoyulmuşdu, indi də elə əsasnaməmizdə var, Güney Azərbaycan türkünün öz müqəddəratını təyin etmə haqqını əldə etməsidir. Və yenə də icazənizlə birinci bəndimizdə, birinci əsasnaməmizin birinci bəndi Azərbaycan öyrənci hərəkatı, Güney Azərbaycan türkünün milli özgürlüyü, gəlişməsi və rifahı uğrunda mübarizə aparan siyasi təşkilatdır və bu əsasda da normlarla qabağa gəlir. Yəni, əsas amacımız orada yaşayan millətimin, özəlliklə türkün, səbəbi də var biz niyə türkü deyirik, niyə bütün toplumu demirik, türkün öz müqəddəratını təyin etmək haqqını əldə etməsidir. Siz bu Güney Azərbaycan kəlməsinin üstündə dayananda Qəşqailər, Xaliclər, Xorasan türkləri, Türkəmənlər, bunlara necə baxırsınız? Bunları necə görürsünüz? Təbii ki, onlar da bizim savaşımızın hörmətli Hidayət bəy, bizim savaşımızın istiqamətində olan bir mücadilələrdirlər. Deməli, bu tərəfdən tərh edeyim. Niyə bu Güney Azərbaycan kəlməsi olmasıdır? Artıq milləti tərif etdiyimizdə bir çox təriflər vardır, məndən yaxşı bilirsiniz. Ancaq klasik tərifinə gəlincə, özəlliklə biz vaxtı Fars nasionalizminə qarşı zülmə məruz qalanlar birisiyik. Tarixə də baxdığımızda, bilimsel də yanaşsaq, etnonasionalizm, yəni etnikə dayalı nasionalizmin qarşılığını sən elə etnik nasionalizm ilə verməlisən, məcburiyyətindəsən. Yəni, məsələn, Fars sənin qarşılayan Fars nasionalizmi ilə çıxır, sənin qarşısına şəhvən, mehvərlik nasionalizmdən çıxsan, sən kaybedəcəksən. Bizcə belədir. Çünki dolayısıyla gənə də o üstünlüyünü sağlayacaqdır. Həman ittifaq ki, misal üçün Pezeşiyanla düşür. Yəni, şəhvən, mehvərliklə qabağa gedirik, amma həmi həm bərabərən, amma hüquqa bərabərtərəm də, bəziha bərabərtərəm bəhs olur, zor verilin məsələ. Oraya
gəlincə bu millətin tərifini ortaya qoyduğumuzda 4 parametr başda gedir. Biri etnikdir, türklüyümüz, biri dilimizdir. Türk dilimizdə Azərbaycan türkçəsidir. Biri kültürümüz, mədəniyyət, tarix bunlardır. Və dördüncü ən əsas da coğrafiya. Vahid və parçalanmamış bir coğrafiya. Misal üçün bizim Xurasan türkləri ilə eyni etnikə sahibik, eyni dilə sahibik, eyni kültürə sahibik. Ancaq müstəqil, yəni yekparça bir torpaqda deyilik. Düzdür, Qacar İmperatorluğunda olmuşdu, amma indi əlan deyilik, Qəşqaylarla deyilik dolayısıyla. Bunları diqqətə aldığımızda məcburuq biz tərif edək bu coğrafiyanı. Ya gələ mən İranı tutam, ki deyəm, bəli, İranı tutduğumda vətən olaraq, coğrafiya olaraq, ona mən Qəşqay ilə də həmvətən oluram, Afşar türkü ilə də həmvətən oluram. Ya gələ onu tutam, ya da gələ deyəm, yox, mən onlarla etnikim, eynidir, dilim eynidir, mübarizəm də zaten eynidir. İrandan qurtulmaq istəyirik, bəli, mənim toplumum, millətim, coğrafiyam buradır, Güney Azərbaycandır. Güney Azərbaycan dediyimizdə biz buna qəsd edirik. Yəni biz bu coğrafiyaya ayrılanlarıq, dilimiz o 4 parametrdə yerindədir. Savaşımız nədir? İrana qarşı. Bu savaşda istiqamətimizdə savaşanlar da var. Qəşqay türklərimiz var, Xurasan türklərimiz var. Bütün türklər ki İranda vardır. Dolayısıyla onlar əgər bir günə çatsalar, biz bir günə çatacaq. Biz bir günə çatsaq da onlar bir günə çatacaqlar. Ancaq o Güney Azərbaycan kəlməsi müşəxəs və spesifik, harda savaşdığımızı ortaya qoyur. Gözəl. İndi siz bir təşkilatınız var və o təşkilatın başqanısınız. Təşkilat indi 18 ilə yaxındır, bəlkə 18 ildən də çoxdur işləyir. Bağışdan sözü şəkərlə səsin, söz üstü. Bəli, söz üstü. Hizbin fərq eləməz sizin hizb ya sizin təşkilat əlbəttə deyək. Amma hizbin ya təşkilatın anlamı nədir? Biraz işarə elədiniz öncə ki, bir ölü təşkilat belə olsa 100 dana infiradi adamlardan şey. İndi təşkilatın önəmi nədir? Təşkilatın önəminə gəlincə, hörmətli İnsafəli bəy, bir misal bıraq. Yəni, hər iki nəfər bir yerdə yığışırsa, bir ortaq hədəf üçün çalışırsa, bu özü bir təşkilatdır, bu qrupdur. Hala təşkilat deyil, qrup deyil, mütəşəkkil çalışmadır. Biri var, daha bir ayrı misal gətirim, daha sonra içəridə olan yoldaşlarımız çox sadə misallarla gerçəkdən yola çıxmaq ola bilər. Mən istəyirəm etiraz edəyəm İran hakimiyyətinə. Yollardan birisi nədir? Şəbnamə yazmaqdır, şəbnaməni paylaşmaqdır. Bir var, mən özüm şəbnaməni yazam, type eləyəm, print eləyəm, cövhərin alam, sonra gedəm özüm paylaşam, sonra ondan əks salam, sonra gətirəm, sonra sayt düzəldəm, saytda paylaşam, sayta yayam və gedəm. Bir də var 5 nəfər olaq, deyək mən yazıram, sən paylaşırsan, o biri əks salır, sürət 5 qat olur, eyni halda mütəşəkkil şəkildə qabağa gedir. Yəni həmzaman sən bilirsən, sən bu işi gördüyündə sadəcə kafidir ki, buna odaqlanasan. Ayrıları o işin bir tərəfində tutub qabağa aparılır. Çox sadə misallar, vəli gerçəkdən bu sadə misallarla çox rahat anlamaq ola bilər məsələn. Çünki bəzi vaxtlar mütəəssifanə İranda, özəlliklə Güney Azərbaycanda da bəlkə hətta özəlliklə deyim, bu atmosfer və fəzanı yaradıblar ki, müstəqil olmaq indi bir müsbət puan sayılır. Yəni təşkilatda deyiləm, müsbət puan sayılır. Yəni danışdırırsan, nəzərin buyurur dəyərli yoldaşımız, amma axırda deyir, mən müstəqilləm. Yəni sanki bu bir fəxr kimidir. Bu fəxr olmamalıdır. Tam tərsinədir. İttifaqən siyasi bir fəal, bütün demokratik ölkələrə baxdığımızda həttəmən bir təşkilata bir yaxınlığı və səmpatlığı var. Sonra təşkilat məcmuədir bir çox insanlardan ki, hər birisi bir sahədə uzmandılar. Mən, məsəl üçün, mən mühəndislik fiziki oxumuşam, amma mən nə tarix uzmanı ola bilərəm o qədər, nə dil uzmanı ola bilərəm, nə siyasi açıdan eləyə bilərəm bəlkə. Bir çox sahədə mənim axsaqlığım var, mən tək başıma eləyə bilmərəm dünyanı liderlik eləyəm. Ancaq bir təşkilat içində və yaxud bütün uzmanlar yığışırlar, eləyə bilərlər. Bir və vahid hədəf üçün fərqli qanatlarla, fərqli qollarla qabağa getsinlər. Nə cür daha tozih verə biləm? Çox vazih bir zatdır. Vəli mütəəssifانə İran hakimiyyəti tərəfindən bu əndişə, bu düşüncə çox təzyiq olur və nə yazıq ki, Güney Azərbaycanın potansiyelini bilərək Güney Azərbaycana çox, özəlliklə türklər çox odaqlanılır, məsələn, pompaj eləmələr. Biz Kürdlərdə bunu görmürük. Kürdlər təşkilatlarına nə qədər də zəhlələri getsə də bu kəlməni işlədirəm, amma arxalarında dururlar. Əruslarda hakeza, ərəblərdə hakeza, türkmənlər ki, hakeza, türkmən səhra cəryanlarımız bilirik. Amma hətta farsların özündə də hətta belə mütəşəkkillik var. Amma Güney Azərbaycanın dəqiqən düşmanlarımız potansiyelinə bildikləri üçün bu təzriq eləyirlər, bu pompaj eləyirlər bu düşüncəni ki, təşkilatçılıq yanlışdır, təşkilat olmamalıdır, təşkilatda da çalışmamalıyıq. Ya da tam tərsi olmalıdır.
İndi bir təşkilatı qurmağın zərurəti nədir? Güney Azərbaycana işarə edirik, bundan danışırıq. Amma indi deyək ki, Güney Azərbaycanda 4 dənə, 5 dənə cavan xanım qız, qadınlarımızdan, nə bilim, oğlanlarımızdan deyirlər bizim məsələn düşüncələri var. Məsələn istəyir kitab oxuyarlar. Məsələn istəyirlər bir işi öyrədələr bir-birlərinə. Məsələn Təbrizdə mən bilirəm xanımlar kimsə başında yığışırlar, evə də yığışmazlar. Məsələn sandıq qoyublar, pul qoyurlar. Hərəsi ayda 500 min nə qədər qoyurlar, onu qura keçdik edirlər. Ay başı məsələn həftədən həftəyə, aydan aya qura keçdik edirlər, birinə çıxır. Məsələn bunu yəni istəyirəm bunu deyəm. Nə cür qurmaq olar bir təşkilat? Təşkilatın quruluşuna gəldikdə çox gözəl misal budur, hörmətli Hidayət bəy. Dəqiqən əsən insan vaqəən yaşayışına diqqət edirsə, yuxudan durduğundan ta gecə yatana qədər bir çox fərqli təşkilatlar içində çalışır, hətta özü bilməsə də. Biri idarədə əgər işləyir, o idarə özü bir təşkilatdır. Hətta biz yolda maşınları sürüb, yəni maşın sürürük, bir xiyabandan gedirik, yenə o biri sürücülərlə də ortaq fikirdə, ortaq hədəfdə olduğumuzda yenə də dolayısıyla bir təşkilatı fəaliyyətdir bu. Yəni kateqoriya deyil ki, hər istədiyi yerə getsin. Bəzi qurallar var, qəbul eləmişik, bircə qabağa gedirik. İnsan vaqəən sübdən axşama fərqli təşkilatlarda çalışır. Çox gözəl misal vurdunuz. Bəzi kültürel fəaliyyətlər, bəzi dillə bağlı fəaliyyətlər, tarixlə bağlı fəaliyyətlər illa da siyasətlə təşkil qurmaq lazım deyil. Bəli, çox gözəl misal vurdunuz. Yəni bu sandıq qoyurlar, nə bilim pul yığırlar, bir nəvam vermək, bu öz bir təşkilati işdir. İlla da hər bir təşkilatın əsaslanması gərək olmasın ki, sən deyəsən mən təşkilatı çalışdım. Kültürel fəaliyyətlərin bir çoxsa əsaslanma lazım deyil. Sadəcə bəzi öz üyələr arasında quralları bəlirləmək, elə işi qabağa aparır və yoldaşlar çəkinməsinlər, əgər bu işbirlik qabağa gedir. Ancaq siyasi təşkilatların, təbii ki, siz işarə elədiyiniz kimi yaranışı fərqlidir. Siyasi təşkilatlara gəlincə bir neçə ortaq fikirdə olan yoldaş ki, düşünürlər, bir məsələ ilə bağlı eyni zulma məruz qalırlar və o məsələdə ki, zulma məruz qalırlar, çıxış yolları da təqribən eynidir. Bu insanlar eləyə bilərlər. Bir ortaq fikrin üstündə gələr ki, biz qabağa gedirik. Ortaq fikri daha münəzzəm şəkildə çıxartmaq üçün manifestosunu yazırlar. Biz bunlara inanırıq bu yolda, bu məsirdə. Bunlar bizim qırmızı xəttlərimizdir. Biz bunlara illa riayət etməliyik deyirlər. Sonra əsasnamə yazırlar. Əsasnamədə də bunları gətirirlər ki, biz indi tamam bu yolda qabağa gedirik. Bəzi aksaqlarımız ola bilər. Söz qərar verici məqamımız kim olmalıdır? Mərkəzi komitə yaradaq. Artıq son sözü kim deyəcək? Atıram da belə. Məsələn, liderimiz, sözçümüz deyəcək. Səs almaq mekanizmamız da mənədir öz içimizdə. Bunları təyin edəcəklər. Və bu da olur əsasnamə. Lazım olsa bəndi fərqli borular açırlar. Onlara da nizamnamə yazırlar və qabağa gedirlər. Yəni, bir təşkilatın qurulması normalda budur. 3 nəfərdən də yarana bilər. Bizə ki, müzahiddə 3 nəfərdən yaratılır və indi haradadır. Amac nə olur? Təşkilatda amacı nədir seçirlər? Ya nədir? Amac nə olur? Amac ərzələdiyim kimi, bütün bu bəzi sualların içində bu cavablar ola bilər təkrarlanan. Mən bəzən çəkinirəm təkrarlamaqdan. Amma amac dəqiqən bu siz ortaq fikirdə olan yoldaşlarınızla bu zülmün qaldırılması üçün hansı yola əl vuracaqsınız? Bu olur sizin amac. Yəni əsas amac bu zülmün qaldırılmasıdır. Misal gətirək bizə, biz bu İran hakimiyyətini qaldırmaq istəyirik. Bu bizim, hala bu da taktiksel deyə bilər, amma stratejik hədəfimiz ərzələn birinci bəndimizdə millətimizin öz müqəddəratını təyin etməkdir. Bu bizim son stratejik amacımız. Bu amac əsasında birləşmişik. İndi bu yolda getdiyimizdə fərqli balaca taktiklərlə də eləyə bilir bu amacın istiqamətində fəaliyyət edir. İndi o şəxslər də yığışırlar, təbii bir amac tərif edirlər. Siyasi təşkilatların amacı daha çox gücə yönəlik olur əlbəttə, təbii olaraq. Gözəl. Sizin təşkilat quruldu əlbəttə və işarə elədiyinizdən mən anlayıram, amma aydın daha deyilsə yaxşıdır. Sizin təşkilat istiqlalçıdır, federalçıdır, haqq təyini sərniştidir, qanun əsasıdır, nədir? O ən kritik bəhslərdən, sözsüzdə hörmətli Səfər bəy, lap elə işin əvvəlindən olubsuz bilirsiniz də, bu siyasi mod kimi bu bəhs bir arada gəlir, federalçı, istiqlalçı bəhsi, sonra yatır, sonra təzədən qaldırılır bəhs mücəddidən. Biz, bəy, necə ki əsasnamədə də var, öz müqəddəratını təyin etmək haqqının Güney Azərbaycan türkünün əldə edilməsindən yanarıq. Yəni o istiqamətdə
çalışırıq ki, bir gün gəlsin ki, o türk milləti referendum başında öz müqəddəratını təyin etsin. Qərar versin ki, Mənası nədir? Bu sözün mənası nədir? istəyirəm elə oraya gələm. Yəni orada təslim versin ki, mən istəyirəm bu çərçivədə qalam, istəyirəm müstəqil Güney Azərbaycan olam, istəyirəm hər nə olam. Məsələn, gedəm ay kürəsinə, məsələn, köçəm gedəm. Və o təyin etməlidir ki, yəni o haqqı əldə edilsin. O haqq o gündə gəldiğində bizim özümüz, yəni təşkilat içində çoxunluğun səs verəcəyi Güney Azərbaycan müstəqilliyidir. O gün əgər biz getsək referendum başında özümüz səs versək, Güney Azərbaycan müstəqilliyini biz öz səsimiz bilirik. Bunun üçün, yəni mən deyə bilərəm ki, biz istiqlalçı bir təşkilatıq. Ancaq buna da inanırıq ki, bu məsirdə bir çox həmlər var, geniş var, yoxuş var. Əgər bir zamanı gəlirsə, Güney Azərbaycanın rifahı, ekonomisi, bütün azadlıq, yəni bütün haqları əldə edilməsi elə bu coğrafiya, yəni İran adlanan coğrafiyanın içində sağlanıla bilirsə də, onunla da yana ola bilərik. Amma bunu hər zaman demişik, indi də deyirik, sonra da deyirik. Bunun ehtimalı, Farsların bir misalı var da, Suzəndər Kağıtlarla, Ənbari Kağıtlarla mənə belə üzətlər deyirlər. Yəni bunun ehtimalı bu ki, İran coğrafiyasında belə bir haqq verilə bilsin, ya əldə edilsin, çox azdır. Ümidvaram ki, sualda net cavab vermiş ola biləm. Biz o zaman gəldiyimizdə İstiqlal-i Güney Azərbaycandan səs verərik. Tamam, inşallah o gün gəlsin. Təşkilatınızın prensipləri hansılardır? Bu bəzi çatışmayan suallardan birisi bu. Yəni prensip dediyimizdə dəqiq nəyə qəsd edirsiniz? Hörmətli Səfərov? Usullar, o usullar ki, onlardan geçməzsiniz. Onlar sizin geçilməz olmasa olmazlarınızdır. Çox gözəl, çox aydın buyurdunuz. Ərz elədim, 4 dənə faktor ki, var idi millətin. Güney Azərbaycanda yaşayan türk millətin o milli varlıqlarına toxunulmaq bizim qırmızı xəttlərimiz sayılır. Prinsipi mən belə adlandıra bilərəm. Yəni, o 4 faktor başda gedərək, o 4 faktorun ardınca da gəlir. Yəni, onlara bağlı olaraq ekonomisi olur, çevrəsi olur. Hər bir zat ki, o coğrafiya, özəlliklə Güney Azərbaycan. Və 3 dənə ayrı faktor. Dilimiz, kültürümüz, tariximiz, dolayısıyla etnikimizə bağlı olan bütün düşüncələr, bütün varlıqlar, hər birisi bunların birisi kölgə altına salınırsa, onlara qarşı hərəkət fəaliyyət edilirsə, o bizim qırmızı xəttimiz sayılır və biz onun əleyhinə olacaq. Və bunların bərpa etməsi üçün də çalışacaq. Gözəl. Hər bir təşkilatın, sizin təşkilat da onun içində bir önəmli işləri olmalıdır, önəmli fəaliyyətləri olmalıdır, ya düşüncələri olmalıdır. Sizin təşkilat, yəni onlar nə mənə ola bilər ki, müştərək ola özdə təşkilatlar arasında? Bunun cavabında izninizlə mən biraz fəaliyyətlərimizdən deyim. Bəlkə o bilə bilər. Xoş, təbii siz o zaman da xatırlarsınız. Lap əvvəllər weblogla idi xəbərçilik. Nə Facebook var idi, nə o zaman Orkut hələ lap əvvəl yaranmışdı. Ondan qabaq heç zat yox idi. Fəqət sitələr var idi. Və biz də yarandığımızda əsas amacımızı qoyduq bu xəbər-rüsaniyə. Yəni bu xəbərlərin, millətin haqqında olan xəbərlər, millətin özünə çatdırılırsa, getdikcə bu zehni olaraq millət birləşə bilər. Bir qaynağa yığışa bilər və nəhayətdə olaylarda eləyə bilərlər ki, o qaynaqdan xəbərləri aldıqdan sonra, məlumatlar veriləndən sonra eyni şəkildə də zamanı gəlincə, misal üçün 85-ci il kimi o birliğin görsünlər xiyabanlarda. Onun üçün birinci odaqlandıq xəbər-rüsaniyə və indiyə qədər onu davam etdirmişik. Birinci yaranışımızda o zaman Blakfada yaratdıq. Azotat Blakfa filtr oldu. Azotat 1, 2, 3 getdik. Kullan Blakfa bağlandı. Blakskaya getdik. Sonra sitələr yarandı və indi alan 4 dənə, 3 dənə fərqli adreslə çalışırıq. Hakeza Telegramımız var da, Facebookumuz var, YouTube'umuz var, Instagramımız var və Twitterimiz də var. Həm türkçəsi var, həm farsçası var, fərqli ingiliscəmiz də var web sitələrimizdə. Çalışmışıq ki, bu xəbər bölümündə qoymayaq. Axsaqlıq çəksin, milli hərəkət və millətimizə bu media vasitəsilə xəbərlər çatdırılsın. Bu xəbər-rüsani bölümündə. Ancaq ölkə içinə gəlincə bir çox aksiyaların içində, bir çox şərtnamələr paylaşılmasında, bir çox bütün akt ki, hər bir təşkilat eləyə bilər, sərdə eləyə, hamısı da olmuşuq, əməyimiz də az olmayıb. İstəyən fəqət o fəaliyyətlər sayam ki, bir təşkilat hansı fəaliyyətlərlə eləyə bilər? Bu məsələdə istiqamətə kömək etsin. Dışarıya gəlincə çalışmışıq bütün gücümüzü qoyaq lobbicilik məsələsinə.
4 il, 5 il ərəfəsində biz 60 nəfərə yaxın Avropa Parlamento üyeləri ilə görüşlərimiz oldu. Elə sırf Güney Azərbaycanla bağlı, sırf Urum məsələsi ilə bağlı 60 dənə parlament üyəsi ilə, Avropa Komissiyonu ilə görüşlərimiz oldu üyeləri ilə. Hətta Şurayı Əmniyyətin nümayəndələri ilə hətta görüşümüz oldu, biz üzvələrimizi ilətdik. Hətta Avropa Şurası tərəfindən bir heyət bir zamanlar gedirdi, Zəriflə zaten görüşürdük. Onlar gedəndən qabaq bizlə görüşürdülər, gedirdilər. Hətta dolayısıyla da indi üstündən çox keçib adam rahat deyə bilər. Qərar idi Təbrizdə o heyətin birisi, ki o zaman Katrinişdan başçılıq edirdi. Təbrizdə getsin, zindanlarımızın biri ilə Təbrizdə görüşsün ki, istəyən vermişdi, amma İran hakimiyyəti qəbul etməmişdi. Yəni bu qədərəcə eləyə bilmişdik ilərləyək və qabağa gedək. Və bir çox sahələrdə seminarlar qurmaq, konferanslar qurmaq, təzahüratlar qurmaq eşikdə, örneği Bruksel və Berlin işi son illərdə baş etdi. Ərzim buna gəlir xidmətinizə ki, əlimizdə hansı imkanat varsa, onun hamısını səfərbər etməliyik. Bütün sahələrdə. Boşluqlarımız da əlbəttə çox vardır. Yəni boşluğumuz da öz yerindədir, onlar da danılmaz bir məqamlardır, məsələlərdir. Bu qədər. Sağ olun, sağ olun. Bir təşkilatı qurmaq üçün əsaslar ki, lazımdır nələrdir? Ən azı 3 nəfər, sonra ortaq fikirdə olmaq, eyni zülmə məruz qalmağı hiss etmək, o zülmdən necə çıxmağı da təqribən eyni bir məsirdə görmək. Buraya gəlincə siz eləyə bilərsiniz, deyəsiniz ki, biz 3 nəfər təşkilatı çalışırıq. Eləyə bilərsiniz, bu təşkilata bir ad qoyasınız, ya da düşünəsiniz ki, okey, indi baxıram məndən öncə yaradılan təşkilatları. Aya özümü onlarda bula bilirəm, özümü orada bir cayqahı tapa bilirəmsə, əlaqəyə keçərəm, onlarda üyə olaram. Daha rahat işdir. Daha onları gücləndirirəm və mən də daha güclənəm. Çünki bir çox insan, onlar da məndən birləşirlər. Yox, özümə yer tapa bilmirəm, onu özüm götürürəm, əsasnamamı yazaram və özüm qabağa gedərəm. Daha yerin yürüləri özümə cəzb edərəm. Gözəl, gözəl. Sizin mənsub olduğunuz təşkilatın idarə sistemi necədir? Necə ki, əsasnamamızda var, hörmətli Hədayət bəy, saytda da vardı. Bir saytda məramnaməmizi də paylaşmışıq, əsasnamə də, nizamnamə də, hətta saytın nizamnaməsi də var. Yəni saytımızı necə idarə etməyə də biz özəl bir nizamnaməsi var ki, onu da paylaşmışıq orada. Yoldaşlar baxa bilərlər. 3 dənə orqanımız var. Komitə, mərkəzi komitə, ondan üstün ki demək ola bilməz. Mərkəzi komitədir, sözçüdür və qurultaydır. Yəni bu 3 dənə orqan təsmin vericidirlər və qərar vericidirlər bu təşkilata. Üyələr də təbii ki, hüquqları da, fərqli hüquqları da vardır, təşkilatın əsasnaməsində var. Bunları biraz tozih versəz, açıqlasaz ki, mənzurunuz hər bu 3 orqandan nədir? Nə iş görürlər? Təbii, əsas xətt... Yəni, ən başda məsələn, hansısıdır? Ən başda hansısıdır? Ən başda təbii olaraq hər bir təşkilat üçün qurultaydır. Yəni, qurultay qərar verici bir orqan və məqamdır. Bu qurultayda təşkilatın xətti məşəyi tərif olunur, gələn qurultaya qədər bu istiqamətdə qabağa gedəcək, keçmiş dövrəni dəyərləndirir, keçmişdəki olan məsələləri diqqətə alaraq keçmiş mərkəzi komitənin ya sabit eləyir, ya da ki, onları ibqar eləyir, ya da yerin yeri cəzb elətdirir. Və dolayısıyla bir çox məsələlər qurultaylarda diqqətə alınır. Ondan sonraki mərkəzi komitəyə ilətdirir, qurultaydan sonra mərkəzi komitə bərpa olunur və bu süre içində mərkəzi komitə qurultayın ixtiyaratını öhdələnir və onların əvəzinə yetişir. Bir soruşuram, istəsəz cavab verin, istəsəz verməyin. Sizin son qurultayda neçə nəfər var idi və son bu müdiriyyət nə mən oldu ikinci mərkəzi burada neçə nəfər üzvü vardı? Əgər istəsə cavab verin, yəni əmniyyəti hiss eləsə cavab verin. Qurultay icazəsində mənə ərz eləmin xidmətçisə, bəli, mərkəzi komitəmizin sayısı 11 nəfərdir. Biz də ki, yaymışıq, yəni əsasnamamızda da var, yayıb paylaşmışıq. 11 nəfərdən ibarət olandır. Biz bir əvvəldə qərar vermişdik ki, hər il 2 nəfər izafələnsin. Yəni əvvəldə 7 nəfər idi, sonra o biri qrupda 9 oldu, sonra 11 oldu və elə də 11-də dayandırıldı əmniyyəti nədənlərdən asılı olaraq. Çünki çox olduğunda o əmniyyəti qorumaq daha çətin olur içəridə və elə 11-də qalmışdır. 11 nəfərdən ibarət olan mərkəzi komitə bu işləri öhdələnir və qabağa, yəni gündəlik məsələlərlə bu uğraşır və sözçü də bunlardan birisi sayılır. Sözçü bunların hamısını aşağıda yerləşdirir. Sözçünün vəzifəsi mərkəzi komitənin yaxud təşkilatın qərarlarını, düşüncələrini və fikirlərini paylaşmaqdır. Yəni burada biz başqanlıq sistemimiz yoxdur. Sözçülük sistemi vardır. Yəni
lider kimi deyil, nədir? Yox, lider Fəqət kimi Soxanqı farsda deyirlər, odur Soxanqud yoxsa? var. Dəqiqən Soxanqud. Elə məsələn dövlətin Soxanqud dövlətimiz də vardı. Hı -hı. Dövlətimiz mərkəzi komitədir. Rəisi dövlətimiz yoxdur. Bir də Soxanqumuz var ki, çünki eşikdə də gələ hola ki, eləyirdi azadcasını danışa. İndi mənəm uzun illərdir eləmə seçilmişəm. Tamam. Və Gözəl. mənim də üstünlüyüm yoxdur. Yəni mən də elə o mərkəzi komitənin üyələrini birisiyəm. Təbii Mərkəzi ki. komitə yönetir məsələn. Təbii ki. İçəridə məsələn seçim vardı ya yoxdur? Necə mərkəzi komitədən Bəli. ötür ya o birisi adamlar məsələn seçilirlər hərəsi bir posta yoxsa necə olur? Bəli, seçilirlər. Hətta bir insan, mən bunu print eləmişəm. 4-cü maddədə Azokun şəhərdən seçilər. Yönetim orqanlarında tamamilə biz açıqlamışıq ki, hətta nə cür səslər gəlir, bir nəfərə necə iletilir. Qurultay keçəndən bir ay öncə, təqribən 45 gün öncədən vəzifəsi var təşkilatın itila versin, bütün üyələrə var fərqli vasitələrlə, sonra onların feedbackini alsın. Qurultaya onlar nəzərləri varsa, onlar kətbi şəkildə verilirlər, qurultaya gəlinir. Qurultayın keçirilməsi yarı huzuri, yarı internet vasitəsindən olur. Bəziləri onlayn, yəni canlı qatılma imkanları olmadığı üçün yazılı formatda keçmişdən verilir. Biraz bu qurultay əmniyyəti məsələləri diqqət alaraq 2 ay sürət çəkir. Yəni 2 aylıq qurultay yazı gələr filan olar, hamısı yığıla bir yerə. Və hamısı orada açıqcasına vardı. Yəni əsasnaməmizdə tamamilə hamısı birə-bir. Əgər qurultay keçirilə bilməsə, o səs çoxunluq sağlanılmasa necə ola bilər, neçə dəfə ola bilər? Hamısı vardı orada. Yəni Gözəl. Detaylarla. Gözəl. Gözəl, sevindim. Sizin təşkilatın öğrenci xüsusən ki oradan gəlir. Yəni kökü təlim sistemindən, tərbiyyət sistemindən gəlir. Sizin təşkilatın özünün məktəbi, okulu, dərsi, danışgədəsi, kolleci bir şeyi varmı? Mütəəssifانه yoxdur. Yəni o anlamda, yəni o dildə desək təbii ki ola bilməz. Yəni İranın durumunu diqqət alıraq. Hələ onun boşluğunu çalışmışıq. Cüzvələri yəni üyələrin içində bizim bir sistemimiz vardı ki, bu sistem keçmişə qayıdır. Yəni lap elə başlanğıcdan 1387-ci il, 6-cı ildən bu qurduq bunu. Hətta o zaman məni tutanda məndən 2 dənə maşınla tutmuşlar məni. 2 dənə böyük sak bizdən cüzvə tutdular. O cüzvələri gəldi biz yoldaşlara paylaşırdıq. Əvvəldən belə olubdu. Yəni bu bilimsel qabağa getmək. Keçmiş tariximizə baxın, ta gəlin indiki hala müasirdə olan hərəkətlərimizə fərqli sahələrdə gündəlik məsələlərlə bağlı bu cüzvələr paylaşılır, verilir, oxunulur və onların cavabı da istənilir. Hər bir çətəmiz olur 5 nəfərdən ibarət. O 5 nəfərin cavabı olurlar çətə başçısına və bu gəlir üstə. Yəni bu sistem ki, sual verirəm, cavabını da alıram, aşağıdan üstə, üstdən aşağıya bu heç zaman qoymamışıq ki, bu kölgəyə salınsın. Çünki kölgəyə salınsa rakit su kimi olur və təbii ki, murdağa çevirir. Yəni o durğunluq özünü öldürür. Ancaq gəlincə, yəni bu oxunumuz ola filan o etibarla o adla yox, bəli yerin bu yoldan istəmişik doldura bilər. Məsələn, əgər sizdən bir amar istəsəm, neçə dənə cüzvəz var? Məsələn, indi bir nəfər istəyər. Məsələn, mən istəyəm sizin cüzvələrinizdən bir kitab çıxadam. Məsələn, ələn deyirlər, biz indi bu danışıqlar ki, partilərini aparırıq. Qəsdimiz var bunlardan 4 dildə kitab çıxadaq. Hər hizbə özünə mücəzza bir kitab çıxadaq 4 dildə. Yəni, məsələn, sizdən ki danışırıq, bu 500 sual. Farsça, Türkçə, İngiliscə, Ərəbcə. Məsələn, 4 cild kitab çıxacaqdır. Məsələn, sizin istiyaq cüzvələrinizdən bir kitab çıxadaq, ya kitablar çıxadaq. Neçə cüzvə indiyəcən çıxartmışsınız? Sırf ekonomide bizim 60 dənədən çox cüzvəmiz var. Ki, bəzilərin saytda İqtisad Azərbaycan Cünubi bir başlıq vardı ki, oraya yoldaşlar getsələr, burada onların bəzilərini görə bilirlər. Turizm mordunda, neft mordunda, Urmu gölünün mordunda, əkinçilik mordunda, mədənlər mordunda da beynimə gələn bunlar sıralamış. Hər birisində o cüzvələrin bəziləri ki, paylaşıla bilər, əmniyyəti açıdan orada vardır. Bəziləri də yox elə. Zatlar, amma var, bayağı var. Siyasətdə neçə dənə? Mən dəqiq rəqəm istəmirəm elə bir söz deyəm atan, vəli var. Yəni yetərincə vardır. Gözəl. Ki, eləyə biliyoruz yəni arkadaşlar. Təşəkkür edirəm. Ən azından bu iki cüzvə var. Çünki özü mühümdür. Yəni bu sistem təlimin və təcrübənin intiqalı. Yəni həm təlimdir, həm də təcrübənin müntəqil olması da o bir nəslə dayanmır. Yəni bizim bəzi partilərə mən baxıram, bu sualı soruşanda əcib gəlir onlara. Amma vaqiqiyyət budur ki, məsələn, bunların liderləri ölsə şey qalar.
hərəkət qalar. Çünki təcrübə müntəqil olmur. Bəli. Ona görə ya bir hadisə gəlsə qalar. Məsələn, nümunə üçün desək, bir dənə bizim partilərimizin birinin başkanına bir hadisə yüz verdi. Mütəəssifانه məsələn görürük ki, yatır işlər. Hər halda çox sevindim ki, siz heç olmasa bu haqda çox ciddi çalışırsınız. Və hətta əgər gələn seriyə eləyə bilirsiniz, mənə bir amar verəsiniz ki, məsələn, neçə kollan cüzvəz var, neçə sahələrdə. Yəni elə bu cür, məsələn, dediniz ki, iqtisadda bir belə vardı. Məsələn, siz oradakı dediniz neft, turizm, Urmu gölü. Əslən, mən burada inanın içimdə gül açırdı. Deyirdim ki, bax, bir dənə təşkilat var, cüzvə şəklində. Yəni, cüzvə deyəndə, yəni elmi, düşüncəsəl, ideolojik hətta. Orada oturubdu, bunları baxıbdı, düşünübdü. Bu mənim özümü içərdən fərahlandırır ki, bu millətin içinə də gedə bilər. Calibdir ki, siz deyirsiniz, bunların bir dəsi əmniyyəti olmasa, millətin əlindədir. Bu da calibdir. Onlar əlbəttə gələcək, yetişəcək. Çox sevinərəm, əgər bir amar versəz, o birisi partilərimiz də bunu görsələr məncə, məsələn, gəlib cavab verməyə belə ağrınırlar, çünki yoxdur əldə bir şey. Yəni, bir dənə cüzvəsi olsa gəlir, mən bu cüzvənin haqqında danışıram. Yəni, bilirsiniz, mən biraz beləsi deyirəm ki, biraz da onları qıcıqlandıram, desinlər varımızdır, gəlirik danışalım. Var, inşallah varlar. İnşallah varlar. İnşallah varlar. Sizin təşkilatın yazılı ideolojisi var mı? Bəli. Yəni, manifestodan siz qəsd buyursanız, bəli, manifestomuz var ki, genelde o da saytda vardır, paylaşmışıq. 8-9 səfərdən ibarətdir və əsas türkçülük, çağdaşlıq və inanc özgürlüyünü burada ifa etmiş. Yəni, açıqlanmışıq ki, 3 dənə əslə biz inanırıq ideolojik olaraq və anlatmışıqdır. Məsələn, o 4 dənə əslə əsasız ki vardı, o 4 dənənin haqqında bir cüzvə, bir yazı var mıdır? Geniş, açıqlıq gətirə, ideolojik ən önəmi var? Təbii ki, təbii ki. Hər birisində var da, ərz elədim. Yəni, saytda paylaşılan, indiki halımızda olan o manifestomuzdur. Yəni, manifesto xub təbii, məmulən o qədər böyük, çox uzun formatlı olunmaz. O iki sunulur millətə. O biz sunmuşuq. Yəni, orada dedim də, çağdaşlıqdır, inanc özgürlüyüdür və türkçülükdür. Bu 3 dənə əsas üstündə biz dayanırıq və onu özümüzə yol xəritəsi kimi çizmişik, qabağa gedirik. Və bu manifesto tozluq da vermişik hər birisinə mənə. Və bunların hər bir özünün, misal üçün, türkçülükdən nə qəsd edirik, bəli, bunun İsmail Qasparalıdan tutun filan, böyle tamamen bilimsel araştırmaları da vardı. Bu cüzvələrin desinlər ki, bunlar paylaşıyor. Yəni, bunların çox sayta yoldaşlar baxsalar, şayət deyə bilərəm, 500-600 dənədən çox, nə tək bizim cüzvəmizdə elə məqalələr vardı fərqli sahələrdə ki, onlara da biz elə hamısına, bütün üyelərimiz məcburdular oxusunlar. Onlardan əlavətən ayrı cüzvələr də vardı, bəli, bunlar hamısı tozluq verilir. Gözəl. Təşkilatınız mali olaraq necə təmin olur? Çətin surətdə. Ərz eləyəm. Çox çətin surətdə, hörmətli Müsafəli bəy. Bu mali bəhs təbii ki, bütün təşkilatların yararlısı olan bir məsələdir. Biz vaqiyyətinə baxınca təbii ki, əsasnaməmizdə yazmışıq. İzniniz ilə oxuyun, istəmirəm qeyri-hüquqi danışım, sonra söz deyəm. Sözsü olaraq icazənizlə biləsini tapmışdım. Tamam. Hiç şey yoxdur. Azoxun bir şişdir. Zaten əsasnaməmizin genel ilkelərdə 1-ci maddə 6-cı bölüm. Azoxun mali gəlirləri aşağıdakı qaynaqlardan əldə olunur. Üyəlik haqlarından, könüllü təqdim olunan hədiyyələr və yardımlardan, yaratdığı qurumların fəaliyyətindən əldə olunan gəlirlərdən. 3 dənə bizim yolumuz var. Yəni, ya üyəlik haqqını yığırıq, ya bizə hədiyyə olunanlardır, ya da bizdə ki, bəzi eləyə bilir, nə bilim, Kürdlər məmulən bu işi görür, daha çox odaqlanırlar. Bir tükkan açırlar, otel açırlar filan, ilə gəlsin, transitə baxırlar, məvədi müxəddər filan zat, təşkilatların ərz edirəm, milləti demirim, təşkilatların ərz edirəm və oradan gəlir əldə edirlər. Bizdə azıq olaraq üyəlik haqların alırıq, amma dolayısıyla almırıq. Yəni, o qədər ki, yoldaşlar öz ceblərindən daha xəstəlirlər. İranda durumu hamımız bilirik. Oradan oraya getməklə bir dənə sadə benzin pulunu düzəltmək çətin ola bilir bəzi yoldaşlarımıza. Daha çox üyəlik haqları ki, çətələrdə 5 nəfərliklərdə yığışır, deyirik öz yüzə xərclə. Və onlar öz
xışlar ceblərinə də pul qoyurlar. Hədiyyələrə gəlincə, açıqlamıram, amma biz bir dəfədən çox daha hədiyyə almamışıq. O da məbləği 200 eurodan aşağı olub. Bütün bu 18 ilin içində. Və digər bölüm də yoxumuzdur. Yəni, vaqiyyət misal üçün təşkilata bir dükkanı yollar, bir filan yollar. Məsələn, kitab çıxardıb kitab satmağa düşünmüsünüz ya, heç bu işi görmüsünüz? Bura içəridə olub da, hətta nə öz kitablarımızı biz çap edib paylaşmışıq içəridə ki, hətta bəzi digər ziyalılarımız ki, eşikdədirlər, bəziləri ilə kəhfədə sizinlə danışıb, təşkilat mənsubları, təşkilat sürücüləri də sizinlə danışmaqda olublar. Onların da kitablarını içəridə ilə biz çıxartmışıq və biz paylaşmışıq. İçəridəki olan yoldaşlar çapını, zəhmətini çəkiblər. Qiymət də vurmuşuq, bəli, sonuc etibarilə elə bir şeydən getmir. Doğrudur. Sizin özünüzü, yəni sizin təşkilat və cənabınız, siz özünüzü Azərbaycan Partisi və təşkilatlarının birinin lideri kimi görürsünüz? Yəni biri heç olmasa təşkilatların içində, yoxsa özünüzü Güney Azərbaycan lideri kimi görürsünüz? Partini deyək. Hər bir təşkilat yarandığında, təbii ki, bir çox yoldaşımız şayad çəkinərək bunu deməkdən, bir çox təşkilatlar şayad vaqəən çəkinərək, bəzilər şayad təbii eləyərlər, deməyərlər. Amma biz heç zaman əvvəldən də olmasa, bəzi o dəyişikliklər ki, ərz elədim xidmətçi, 1389-cu ildən sonra yeni bir düzən formatından qabağa gəldik. 1389-90-cı ildən indiyə qədər də demişik, bir təşkilat yaranır, bunu bu niyyətlə ki, deyir, məndən öncə yaradılan təşkilatlar, sayğım onlara sonsuzdur, onlar da hamısı bir istiqamətdə qabağa gedirlər və onların bir axsarlığı var. Onların axsarlığı olmasa, mən niyə gələk yaranam? Mən də gedirəm onların birisində çalışıram da. Mən gəlirəm bu iddia ilə ki, mənim tutduğum yol daha millətimi eləyə bilər, rifahat çatdırsın, daha rahat yolla, daha tez yolla, daha az həzinəli yolla və s. Yəni, dolayısıyla mən özümü o biri təşkilatlardan daha mühiq bilirəm bu yolda öndə getməyə. Bu, o birilərə sayğısızlıq kəsinliklə də. Çünki bunlar hamısı yenə də bir yumruq kimidirlər. Yəni, bir tim kimi də elə bir məsələ, mən mühazim oynayıram, mənə difa lazımdır, halfback lazımdır, qorel lazımdır. Bəli, düşünürəm ki, bu oyunu eləyə bilərəm, bəlkə kapitanlığı məndə olur. Biz həmişə bu düşüncədə olmuşuq. Zamanı gəlməyibdi ki, o gələk yetişək o ərəfəyə ki, bəli, bəlkə millətimiz azadlığından sonra nə hansı düşüncədə ola, hansı qərara verə, bəli, öz niyyətimizdə, bəli, bu ola bilər ki, biz zamanı əgər Güney Azərbaycanın müstəqilliyinə gəlib çatdıq, yaxud hətta bir azad bu fəza atmosfer yarandı, ola bilər hətta biz adaylığımızı hər nəydə bəlli edək. Bu, çəkinə biləcək məqam deyil. Çünki mən özümdə onu gələk görəm və təşkilat olaraq özümüzdə gələk onu görə bilər ki, bir yolda gələk və iddiamız ola bilər ki, biz millətimizi istəyirik səadətə çatdıraq. Mən özüm inana bilməsəm buna ki, məndə bu potansiyel var. Birincisi, özüm xəyanət eləmişəm yazdığım əsasnaməyə. Mən birinci bəndə vaxt yazacağım, mən çalışıram millətimi rifahat çatdıram, özümdə o potansiyeli görəm. Biz özümüzdə bəli, o potansiyeli görürük. Gözəl. Liderlik haqda nə düşünürsünüz? Yəni, bu kəlməni eşidən lider, rəhbər, bu kəlməni eşidəndə siz nə düşünürsünüz? Nə gəlir zehninizə? Parti olaraq? Mütəəssifanə, bu da bir o məqamlardandır milli hərəkətdə ki, çox mənfi yüklənilibdir birəsinə və keçmiş təcrübələrdən asılı olaraq. Hala dəyərləndirmirəm, yəni özüm müsbət mənfi tərəfləri də var keçmiş tariximizə baxdığımızda. Bəli, bu liderlik bəhsi və lider kəlməsi mənfi yük daşıyındayım ki, illa da mənfiliyi yoxdur. Bir çox ölkələrdə, demokratik ölkələrdə onların da liderləri olur. Partinin də lideri olur. Bir sistemi idarədir, idarə sistemidir bir təşkilatın. Hətta dolayısıyla bir camiənin. Bizim özümüzə gəlincə, biz təsmin tutduq təşkilat içində bir liderlik bəhsini götürək və sözsüzlük qoyaq yerinə. İnsanın özəlliklərini diqqətə alıraq. Özəlliklə bizim öz durumumuzu, yəni içəri və dışarının bağlantısı əmniyyəti nədənlərdən asılı olaraq ola bilər zaman alsın və bəzi sui-istifadələrə yol versin və mən öz haqqımda ərz edirəm. Bunların hamısını diqqətə alaraq biz düşünürəm ki, sözsüzlük daha yaxşı ola bilər. Mən eşidirəm, mərkəzi komitə əqli cəmi, əqli fərdiyə daha üstünlüyü ola bilər düşüncəsində. Bəli, misal üçün, mən sözsüz olaraq mənə bəzi yetkilər verilib, zamanı gəlincə force major olaylarda eləyə biləm qərar verəm. Ancaq o həmin qərarın özün sonra gələkdə mərkəzi komitə cavabdeh olar. Mərkəzi komitəyə cavab verəm, mərkəzi komitə ola bilərsə mənim bu sözümü qəbul edən ya mənə xəl edir, istifamı istəyir, ya ata eşir, ya yeni sözsüz gətirir.
Bu xirədi cəmi daha xirədi fərdi üstünlük verilməsindən yana biz var. Yəni liderlik, cəmi liderliyə daha üstün bilirik biz. Yəni siz fikir edirsiniz ki, mən görüm düz anlamışam sizin fərmayışınızı ya yox. Sizin belə düşüncəniz vardı ki, liderlik yaxşı bir şeydir, tamam dünyada vardı, amma bizim toplumda bunu xarablayıblar. Pis məna veriblər, mənfilədiblər. Onun üçün də biz inanırıq ki, gərək lider olsun, amma indi elə məcburuq sözcü altında işləyək. Belə buyurursunuz. Yarısına zah bəli, dəqiqən o mənfi yüklər verilibdir, liderliyə də inanırıq, amma bu liderlik dəqiqən cəmi xirətdən asılı olaraq bir liderlik. Yəni, mərkəzi komitənin olunması ki, həmən elə heyəti dövlətdir. Amma heyəti dövlətdən sonra bir prezident seçilir. İndi o prezidentin nə qədər yetkisi ola biləcək təyin olunmalıdır. Biri ola bilər ki, o yetki o qədər verilir ki, sən ya, heyət dövlət, sən nə inirsən elə özbaşıyan, mənəm ki, təyin edirəm. O da liderlik formatı ola bilər, yaxud yox. Həman liderlik ola bilər, amma həman o rəis dövlət daha çox cavabdehdir o heyəti dövlətinə. Biz ondan yanarıq. Bəlkə ki, bu şaibə götürülsün. Bəlkə o şaibə götürülsün, dəqiqən sizin buyurduğunuz istiqamətində o zehniyyət mənfi verən ki, aradan qaldırılsın, biz sözsü kəlməsini deyirik. Yoxsa lider də deyilmək ola bilər. Amma sözsü daha çox mənim olduğum caygahı yetirir. Mən bir cəmin daha çox sözcüsüyəm. Yetkim də var. Bəzi o üyelərdən daha çox yetkim vardı, amma o yetkim o qədər kafi deyil ki, onları görməzdən gələ bilər. Məsələn, bizim İran adlanan yerdə rəhbər deyirlər, amma məsələn, o birisi yerlərdə prezident vardı. Məsələn, Biden Amerikadadır, Putin filan yerdədir, hər şeysin. Bunlar məsələn liderdirlər, amma seçilmiş və 4 illik. Yəni 4 ildən 4 ilə bu genel lider ola bilər ya yox. Həm parti içində bir seçim gedir, həm də eşitə seçim gedir. Belə bir sistem buyurursunuz. Doğru, mən düz anladım. Dəqiqən elə. Tamam. Sizin önərdiyiniz, yəni sizin partinin önərdiyi bir bayraq var mıdır? Təbii olaraq biz elə, yəni başlanğıc olaraq cəmiyyətdə olduğumuz üçün təbii ki, o cəmiyyətin elə bayrağına əvvəldən də inandığımız bir bayraq olub. Deyirəm də Azoxun o başlanğıc yaranışa gəlincək. Və sonra fərqli daha üyələr gəldilər Azoxun içinə. Bu düşüncə o qalibiyyətin əldən verdi. Və bir uzun zaman biz muzeyimizi bayraqla bağlı buna gəldə çataq ki, biz bütün bayraqlara sayğı ilə, yəni təşkil olunanlara sayğı ilə yanaşırıq. Eyni halda ki, mən özüm də əvvəldən inanmışam, indi də inanıram axıracaqdır. Və təşkilat içində üçün də çoxunluğu əldən verdi bu düşüncə. Biz qərar aldıq ki, hamıya sayğı duyaraq, deyək, hər bir yerdə, hər bir cəmdə hansı təşkil, hansı önərilən bayraq varsa, biz gedib qatıracaq. Heç bir sorunu yoxdur, hansında olsa qaldırarıq. Ancaq da özəlliklə son illərdə məqsəd cəmiyyətin təşkil etdiyi bayraq daha çox yaygın olduğu üçün, bir çox təşkilatı qəbul etdiyi üçün, biz elə də onu qəbul edirik və onu Gün Azərbaycanın bayrağı da deyə bilərik, Gün Azərbaycan müzadilə bayrağı da deyə bilərik. Hər onlarla desək, onu biz qəbul edirik. Yəni, özümüzün təşrif elədiyimiz yoxdur. Təşrif olunan bayraqlardan birisini qəbul etmişik, cəmiyyətin bayrağı da odur. Onu indi Güney Azərbaycanın bayrağı bilirsiniz və mücadilə bayrağıdır. Yəni, hər nə adını desiniz, onu bilirsiniz, qəbul edirsiniz. Amma geçici bilirsiniz, yoxsa daimi? İzninizlə mən burada şəxsi nəzərimi deyim, bir də cəmi nəzər. Şəxsi nəzərimi desəm, mən onu gönlüm istə daimi olur. Mən onun üçün bağlantım olub, yəni əlaqəm olub belə əvvəldən. Çünki 1982-ci ildə o qalada çıxdı və mən də oradaydım, elə atamla birlikdə oradaydım. Yəni o əlaqə qəlbi varım, yəni ona olaraq qeyri bilimsel bir danışıqdır. Mən gönlüm istər ki, o elə nəhayətdə də o seçilsin və təbii ki, gəndə nəhayət qərarı millətin əli ilə yaranmış o məclis o verəcəkdir, yəni o təyin edəcəkdir. Mən gönlüm istər ki, elə bu olsun. Amma olmasa da ki, millətimiz. Təşkilatınki nə? Təşkilatın qərarıdır. Təşkilatın içində bu əvvəl bölümü yoxdur da. Deyir ki, elə nəhayətdən millət nə mənə desə, elə olmadı. Yəni, hamımız sayğı duymadıq, təbii olur. Təbii ki, təbii ki. Güney Azərbaycanlıları və türklərə, sizə və siyasətə maraqlı olanlara sizin təşkilatların, amacların, istəklərin, planların oxuyub tanıması üçün hangi kanalları və yolları açmışsınız?
Əvvəldə də ərz elədim hörmətli yoldaşların qulluğuna ki, biz bəri başdan yəni bu veb saytlarla yola çıxdıq. O zaman webloglarla əslində Azotat Blogify idi, sonra Azotat Blogsky oldu. Təbii filtr oldular. Nəhayət Azotat netə keçdi sayt olaraq. Və uzun illərdən sonra Azotat.org da gəldi, Azotat Info da gəldi. İndi 3 dənə sayt olaraq fəaliyyət edir, çalışır. Azotat Blogify o zaman yadıma gəlir ki, Milli Hərəkatın ən çox baxılan weblogu idi, hətta sayt olmasına rəğmən və hətta Azotat.net də bir ərəfədə biz amarların da hamısının üçün çalışırıq ki, yoldaşlar fikirləşməsinlər ki, özümüzdən danışırıq. Hər zaman çalışmışıq ki, sənədlə danışaq. Biz o hostingimizdən də neçə bu detayları çıxardıb paylaşdıq ki, bir ayın içində 1 milyon nə tək viewerimiz var idi, yəni baxıcımız var idi. 1 milyon fərqli IP bir ayın içində. Və ondan sonra da indilən əzəlim Telegramımız var, Instagram vasitəsilə də biz təqib edə bilərlər, Facebook vasitəsilə, Twitter vasitəsilə, Twitterdə türkcəmiz var, Instagramda həm türkcəmiz var, həm farscamız var və bu arada o saytda var. İndi Azotat.netə getsələr, orada biz sol tərəfdə bütün hamısını listələmişik. O vasitələrdən bizə baxa bilərlər. Gözəl. Hangi vasitələrlə və yollarla Güney Azərbaycan ilə gündəlik əlaqədəsiz? Bir zatdır da bu namərfum suallardan, yəni bu əlaqədə Yox, bir başqa məsələn, bir başqa agəhi verəndən verənə, bir də başqa hər gün oradan millətlə əlaqədə olursunuz. Elə fikir edirəm ki, elə həmin şəbəkələr olacaqdır. Bəli, hər gün bütün vasitələr. Sizin təşkilatınız özün haranın, kimlərin, hangi coğrafiyanın siyasi təşkilatı bilir? Əvvəldə cavabı almışam, bilirəm, amma suala burada bir də cavab versək. Haranın, kimlərin, hangi coğrafiyanın? Haranın, kimlərin, hangi coğrafiyanın? Güney Azərbaycanın və Güney Azərbaycanda yaşayan türklərin, yəni spesifik olaraq. Və də təbii ki, o birlərinin də hamısıyla bağlarımızı kəsməmək qərarında və bir istiqamətdə savaşırıq. Bütün türklər ki, İranda coğrafiyada yaşayırlar. Gözəl. İndi 3 dənə kəlmələri bir-biri ilə işlədəcəm. Bunların hangisi sizin partinin düşüncələrinin, stratejilərinin mərkəzindədir? 1. İran, İranlılar. 2. İrandakı türklər, Azərbaycanlılar. 3. Azərbaycanlılar. Təbii olaraq birinci başda gedərən Azərbaycanlılardır. Sonra ikincisi İranda yaşayan türklərdir. Sonra da gücümüz, hövsələmiz, vaxtımız çatsa İranda İranlılardır. Vaqiyyətin əsiri. Var. Buna izninizlə o mətn səbəbə bir balaca izaha gətirmək icazə buyursanız. Üçün sual yaranır. Bəzi yoldaşlar haqlı olaraq da buna buyururlar. Özəlliklə bu seçkilərdə, seçkilər ərəfəsində özünü çox göstərir. Ki biz o biri türkləri də, İranda yaşayan digər türkləri də gözümüzü yuma bilmərik. Onları da görməzdən gəlmək olmaz. Onları da diqqət almalıyıq. Bu doğru termindir və doğru məsələdir. Və təbii ki, bizim də yolumuzun, yəni gücümüzün bir bölümü də elə onlardır. Yəni onlara dəstək vermək, onları daha çox oyanışa çatdırmaqdır. Onlar oyanışa çatdıqca, onların dörd müəllifəsinin hal-hazırda 3 dənələri var. Ərz elədiyim kimi, onlar etnikləri türklüğünü bilirlər. Onlar dillərin türk olduqlarını da bilirlər. Onlar kültürlərin, tarixlərini də bilirlər. Əsas və təyin edici məsələ coğrafiyadır. Qəşqay gərək özünə, o Qaşqay yurdu bir ünvan coğrafiya tərif elə. Tərif elədi, özünə deyə bilər mən bir millətəm. Türk soyuna bağlıyam, amma özümə bir millət kimi tərif elədiyimdə, dolayısıyla o ləhzədən sonra ona beynəlxalq hüquqların içində olan o haqlar verilmək şərti verilir. Yəni verilmək şərti duyulur olaraq. O deyə bilər, mən coğrafiyam da bəllidir. Bu coğrafiyaya aid olan, içində olan məsələlər də mənə aid olmalıdır. Eyni halda Xurasan türkləri də elədir. Bu bir tərəfdən. Amma ikinci tərəfdən bir dənə də bir taktik məsələsi var. Mən coğrafiyamı Güney Azərbaycan tərif elədiyimdə, mən Güney Azərbaycanı əgər bir günə çatdırıramsa, dolayısıyla müstəqimən elə həmin türklər də bir günə çatacaqlar. Yəni olmaz ki, bəzən yoldaşlar belə deyirlər ki, siz Güney Azərbaycan məsələn müstəqil oldu, onda Qaşqaylar nə eləsin? Amma Güney Azərbaycan qərib olsa müstəqil ola İrana da İran ölkəsi qalmayacaqdır ki. O əsən o ərəfəyə bir çatdıq da, yəni İran dağılıb. Yəni dolayısıyla əsən bəlkə elə hamı odaqlansın. Güney Azərbaycanın
adı və məsələsi həll olsun. Çünki həll olduqca dolayısıyla İran məsələsi aradan gedir. İran zəifləyir və İran zəiflədikcə də onlar istəklərinə çatacaqlar. Yəni bəzən yoldaşlar mən görürəm bu otaqlarda belə yanaşırlar məsələyə ki, Güney Azərbaycanda müstəqil oldu və bizlər nə edəcəyik içəridə? Axı bizi qalmayacaqdı, İranı qalmayacaq. Yəni təsəvvür bu olmasın ki, Güney Azərbaycan müstəqil oldu, Xameneyi oturubdu, indi ayrılmışıq, bölüm çıxırıq. Əslən bu olası iş demək, bu əslən taktikən olası işdir. Dolayısıyla onun üçün biz deyirik, odaqlanaq biz Güney Azərbaycan məsələsinə. Bu məsələ nə qədər gündəmə gəlsə, bu haqları əldə etməsi ilə dolayısıyla onlara da o haqların verilməsi anlamında. Bu balaca izahat istədim. Doğru. Teşekkür ederim. İttifaqa mən bu günləri program açmamışdan öncə bir Qəşqailərdən bir məqalə oxudum. Fikirəm ki, Qahi yaymışdı. Fikir edirəm, yəni indi yadımda deyil dəqiq ki, Qəşqailərin intizarı nədir? Pezeşkiyandan xüsusən. Orada çox gözəl o istəklərin, mən bir şeylər yazmışdım. Gördüm ki, orada məndən çox təkmil bir şeylər yazıblar Qəşqaiyə və yurd istəmək, yəni bu üçün bizim bir müstəqil listanımız olsun, bizim müstəqil radio televizyonumuz olsun, bizim müstəqil ruznamələrimiz olsun, mədrəsəmiz olsun. Çox gördüm ki, o düşüncə orada özün bir millət kimi görür. Yəni mən çoxdan da bunu gözlürdüm belə bir şey. Elə həman şeydir, yəni Azərbaycanda bir hərəkət qalxırsa, o birisilərdə bu hərəkət gedəcək. Təbii. Sizin ən önəmli siyasi stratejiniz ya ən üstün amacınız nədir? Ərz olunduğu şəxs ən üstün amacımız millətimizin öz müqəddiratını təyin etmək haqqının bərpa edilməsidir. Və dolayısıyla oraya getmək, bütün taktikləri istifadə eləmək də bizim olur, yol xəritəmiz. İndi o istiqamətə gəlincə də fərqli məsələlər açılır. Mən Urmu gölü məsələsini gündəmə gətirirəmsə, onun əgər çözülməsinə çalışıramsa, o da dolayısıyla elə o müqəddiratın istiqamətindədir. Əgər mən ekonomini sağlamağa çalışıramsa, elə o da o istiqamətdə qabağa getmək mənasında daşıyır. Yəni amacımız, son stratejimiz ora və gündəlik məsələlərin də hər birisindən odaqlanmaq gəlir borcumuzdur. Yaxşı. Bu bölümü qurtardıq. İndi keçirik dövlət, dost, düşmən və rəqiblər bölümünə. Əlbəttə bunları ayrı-ayrı sorular ilə axirəcən gedirik. Hər bəhsdə bunlar təkrar olur. Dövlətlər ilə sizin təşkilatın ilgisi hangi usul üzərinə qurulur? Dövlətlərlə bizim əlaqəmiz hansı usullar üzərində qurulur? Dövlətləri izninizlə neçə yerə bölək. Bir bizə tərif elədiyimiz, təşkilat içində tərif elədiyimiz bəzi yaxın ölkələr var, dövlətlər var. Başda Azərbaycan və Türkiyə dövləti. Bəzi notral, yəni vəsətdə olan ölkələr var. Avropa bəziləri ondan ibarətdir, Amerika bəziləri ondan ibarətdir. Bəzi də qarşımızda duranlar var. Misal üçün İrandır, Çindir və Rusiyadır və bunların yanında duranlar. Bunların hər birisi ilə də bizim əlaqə qurmaq formatımız təbii ki, fərq edəcək birisi ilə. Açığını ərz edən xidmətçi təbii bu bir qonudur ki, o qədər təbii bilirsiniz ki, açıq və aydınlığa gətirilmək şayad o qədər yaxşı olmasın əmniyyəti məsələlərdən asılı olaraq. Bəli, xas xariquladə bir bağ da yoxumuzdur. Dəstəklər görmüşük mənəvi, dəstəklər də vermişik mənəvi və gələcəkdə də bu 3 dənə kateqori əsasında qabağa getmək qərarında. Yəni bundan çox fikirlərim Gözəl. Var olun, sağ olun. Dünya üzərində olan dövlətlərə necə baxırsınız? Qabaqçı sualın eyzəni. Yəni o cür bizə də olur da. Təqribən fikirlə. Tamam. Dövlətlərlə ola biləcək ilginizi necə tərif edirsiniz? Suallarınızın birinə mən dönürəm Hörmətli İnsaf Əli bəy. Bu sual soruşdu ki, sizin qırmızı xətt prinsipləriniz nədir? Qırmızı xəttləriniz dolayısıyla nədir? Hər bir kəslə, hər bir təşkilatla, hər bir qurumla, quruluşla üst düzəyə gedin, yetişin, hətta ölkələrlə, dövlətlərlə, hətta qardaş bildiyimiz ölkələrlə də bizim hər zaman qırmızı xəttimiz milli mənfəətlərimizdir və o istiqamətdə rəvabitimiz tərif olunur. Əgər hər bir yerdə dost, düşmən, yoldaş, yaxınca uzaq fərq etməz, hansı ölkə bu milli mənfəətləri ayaq altına alırsa, təbii ki, o qırmızı xətt kimi sayılır və qeyri
əcnəbiliyi də görünməməlidir. Bəzi yoldaşlar bəzən deyə bilərlər ki, niyə Azərbaycan, niyə Türkiyə bəzən o düşüncələr bizə hala bunları mən bizə deyirəm, çünki yaxın dövlətlərimizdir. O zaman açıq bizə yardım eləmirlər. Onlar da öz o coğrafiyada yaşayanları düşünmək zorundadırlar. Biz o qədər də, yəni siyasət aləmi bunu məcburdur birincisi olaraq cavabdeh olsun. Əgər o milli mənfəətlər bizim himayətimizlə üst-üstə düşməsə, məcburdur onu savunsun, məcburdur mənə qarşı dursun. Və dolayısıyla o da o zaman məni başa düşə bilər ki, mən ona qarşı çıxam. Çünki mən öz milli mənfəətlərimi düşünmək zorundayım. Yəni milli mənfəətlər hər zətdən üstün gəlir. Gözəl, gözəl. Əcəba sizin təşkilat bir dövlətə bağlıdırmı? Xeyr. Təşkilatların hangi bir xarici ölkəyə bağlı olmasına necə baxırsınız? Çətin, biraz kompleks, yəni çətin bir cavab. Çətin sual da çətincə cavab verilə biləcək bir məqamdır. Əsas qalıqdır ki, o təşkilat, o ölkələrlə yazıldığı müqavilə ya yazılmamış hətta müqavilələrində milli mənfəətləri hansı sırada nəzərdə tutmuş olur. Əgər ön sıradaysa bizdə yəni heç bir sıxıntısı yoxdur. Çünki bəzən ola bilər ölkə ilə sən müzakirə və mübahisə etdiyində win-win olar, yəni board olar. Heç bir kəs daha oturmuyor qırmızı xəttlərlə. Bəli, bəzi vaxtlar ola bilər bir tərəf bəzi zətləri əldə etməsi üçün qırmızı xəttlərdən vaz keçsin. Bu qırmızı xəttlər bəzən təşkilatın qırmızı xəttləri təşkilatın özü olaraq ola bilər milli mənfəətlərlə üst-üstə düşməyə. Yəni mən məsələn yazmışam birinci bəndimdə ki, öz müqəddəratını təyin etmək üçün çalışıram Güney Azərbaycan türklərinin. Bəli, təşkilatın da mənfəəti bundadır ki, təşkilata pul təzriq ola. Çalışım misallə deyim. Bu pulun təzriqi, əgər o mənim birinci yazdığım bəndlə üst-üstə düşmürsə, yəni o mənə pul verən dövlət onun qabağını almaq istəyirsə, mən müvəzzəfəm ki, deyəm təşkilatıma pul təzriq olmasın ki, o əsasnaməni mən riayət edəyəm ki, o millət və müqəddərat təyin etmə haqqını kölgəyə salmayam. Əgər bu riayət olunursa, fəbəhəl murad. Riayət olunmursa, biz yaxşı bilmirik vaqiyyətdən. Yalan deyək. Teşekkürler. İndi bir təşkilatlar vardı, bağlı ola bilər. Bir də beləsi bir təşkilatların və hər türlü fəaliyyət edənlərin xarici ölkələrdən mali yardım almalarına necə baxırsınız? Və yaxud bağlı olmaq idi. Amma indi məsələn mən fərdi olaraq hüquqi bəşərçiyəm, demokrasiyəm, yazarçıyam, filanam, bəhmanam bir yardım almaq, radyo almaq, televizyon almaq, nə bilim, belə ya hər nə türdə o yardımlar. İndi parti olsun, şey olsun. Bunu necə görürsünüz? Bu da təqribən ilə qabaqçı sualın istiqamətində siz buyurduğunuz kimi tamamilə yardım daha fərqli ola bilər. Birisi nə sən işlədiyində, müqavilə yazdığında daha konkret sənin istəyi ola bilər. Yardım etdiyində istək o qədər konkret ortada olmur, bəli bir bəkləntilər ola bilər, intizarat ola bilər ki, bu yardımlar ardıcıl olsun. Sonra gəlsin, birinci dəfə olmasın. Nümunələrindən bu dünyada Sorosdan tutun, ta bir xeyli yerlərə qədər ki, məsəl üçün demokrasinin genişlənməsi üçün təşkilatlara pul verirlər. Ancaq onun arxasında müsəlləmən bəzi istəklər var. Heç kəs xalaq açıq qalsın, bir nəfərə pul vermir. Mən inanmışam bu dünyada. Heç kəs pulundan vaz keçmir. Məncə ən çox onun qarşılığında bizi dağılmış olar. Özəlliklə bu təşkilatlara gəlincə, özəlliklə bu dünya çərçivəsində yaranmış böyük təşkilatlara gəlincə, hər adlan olursa olsun. Bunlara gəlincə, fərd olar, təşkilat olar, onlardan yardım alırsa, yenə də qabaqçı suala qayıdıram. Onların bəkləntiləri hansı istiqamətdə dayanır? Məsələn, bir radio televizyon gəlir, mənə yardım eləyir. Yenə çalışan misallə deyəm. Mənə bir televizyon açır. Mən o televizyonda biri var ki, o mənə xətti qırmızı təyin eləyə, sən İranın burasına qədər danışa bilərsən əleyhinə və bundan çox danışa bilməzsən. Ya da gələ deyək ki, yox, sən İranı savunmalısan. Buna iki dənə fərqli terminal olur. Əgər desək yoxsa, İranın məsələn Xamneyə sövmə deyəm, avamyana deyəm, Xamneyəyə tohin eləmə, bəli qalan yerləri tənqid etkinən, bu şayət düşündürə insanı, okey, hələf eləməm bu yardımı alım, bu fürsətdən istifadə edəm, hələ qalanları paylaşım, onu da bir çarə qılarım. Bu qabili qəbul ola bilər bir növ. Bəli, yoxsa elə sənə xətti mərz təyin eləyər. Bunu eləməlisən, bunu eləməlisən ki, genə də qabaqçı sözünə qayıdıram.
milli mənfəətlərlə üst-üstə düşmürsə, hər ünvanla olur olsun, yardım olur olsun, hər ünvanla olur olsun, o olası iş deyil. Bir daha burada sual soruşum. O da bu. Mesela milli mənfəət deyəndə deyirik ki, milli mənfəətləri indi biz tərif edirik. Mümkündür bir ayrısı. Mesela benim partim, A partisi deyir ki, ama falan şey milli mənfəətdir. Doğru. O birisi parti de deyir ki, yox. O ya geçerli ya zıkkılıdır ya da əslən deyil. Doğru. Yani İslam deyər. Bir bunun təşxisi var. Yəni təşxisinə görə bağlıdır. Bir də buna görə bağlıdır ki, məsələn, A qrupu deyir ki, mən burada %100 əlimdən vermişəm. Məsələn, İran indi bizim %100 işğal eləyibdir, hökumətimiz yoxdur, hesabımız yoxdur. Bir də var ki, biri mənə bir dənə radio verir. Deyir ki, hocam bu radyo ya bu televizyon 24 saat bütçəsiyle veririm ki, tapar işlətçinə. Mən buradan heç olmasa millətimlə danışabilirim, şey deyə Tamam burada mesela deyir ki, mesela sen Cumhur İslamının falan şeyine dəymə. Mesela dinə dəymə. Nə bilim, mesela şiəliğinin işin olmasın. Mesela deyirəm ha. Ya mesela çok demokrasini danışın. Ya o tərəfdə mənfi tərəflərini deyirik. Deyir ha, mesela əvəzim ki, Xameneyi ilə danışasan, demokrasini çox danış, demokrasini yay. İnsanlar bilsinlər demokrasi nədir, azadlıq nədir, ədalətin üstündə durjinən, sosializmin üstündə durjinən, nə bilim, liberalizmin üstündə. Məsələn, bunları deyir. Məsələn, burada baxır, məsələn, mən deyirəm ki, tamam, burada mümkündür ki, milli mənafeylərimin %100'ü olmur, amma %20'si də olsa mənə zəfərdir bir. Olmayan yerdə %20 çoxdur. Buna necə baxırsınız? Kamilə müvafiqəm, hörmətli Səfər bəy. Yəni dəqiqən buyurduqlarınızdan tamamən razıyam. Tamamən razıyam. Yəni birincisi o, təbii ki, hər təşkilatın, hər bir fərdin, hər bir bireyin o biri bireylə fərqi var. Bir mövzunu tərif etməkdə. Siz də işarə elədiniz. Bizim inandığımız milli mənfəətlər ola bilər, o biri təşkilatın üst-üstə düşməz. Təbii biz öz baxışımızı deyirik. Ola bilər ayrı təşkilat düşünsün ki, əslində ittifaqın bu aldığı yardım çox da milli mənfəətlərin uğrundadır. Bunu gələcək təyin edər, gələcəkdə olan o cavab feedbacklər təyin edər, nəhayətdə millət təyin edər. Yəni millət təyin edər də bu sonuc verəcəkdir. Bu sonucundan çıxarmaq ola bilər ki, hansısı daha doğrudur. Bir də təbii öz baxışımızı ərz edəcək xidmətçi. Və ikinci bölümdə də dəqiqən tamamən mən də çalışım elə onu ərz edeyim xidmətçi. Qalibində o ləhzə 20% milli mənfəətlərin təyin olunub verilməsi, hətta 10% istiqamətində olma, hətta 5%, hətta 1%, 1% də 1% də niyə olmasın ki? Çox qəşəng. Vəli biri var, sən 99% alasan, vəli 1%-in əleyhinə çalışırsan. O biraz çəlişki yarada bilər. Yəni biri var, siz misal üçün 20% deyəsən, mən milli mənfəətlərimin bu bölümünün uğrunda fəaliyyət edirəm, qalanların haqqında danışmıram, susqunam. Amma əleyhinə də deyiləm. Amma deyəsən ki, yox, mən bu 20%-i əldə edirəm, amma məcburam o birlərinə əleyhinə olur. Onda bu tartının kəfələrinə baxmaq lazımdır. Əleyhinə olduğumun vəznəsi, zərbəsi, həzinəsinə qədər ola bilər. Bu faydanın qabağında. Mənim qəsdetdiyim budur. Yoxsa siz çox gözəl işarə buyurdunuz. Hətta 1% də belə, yarım faiz əslində, yekisərim edərsən. Bəlkə nə? Hər balaca addım sayılır. Əlbəttə ki, olmalıdır. Yəni, məsələn, mən bu son intiqabata baxırdım. Mən özüm bilirsiniz, təhrimçiyəm. Amma mən öz-özümə bildim, deyirdim ki, bu içəridəki deyir, mən bəlkə %1 aldım axı. %1'in tamamına gedir. Bəlkə ələ gətirdi, bəlkə gətirmədi. Deyək ki, məsələn icazə verdi. Məsələn deyirəm, Azot Azərbaycanda başladı fəaliyyətə. Bir ayrı hizb başladı fəaliyyətə. Məsələn, məncə bu çox önəmlidir. Yəni, yoxluqdan çox yaxşıdır. İçəridə bir rəsmi təşkilatın durub danışa bilər, milləti rəsmi olaraq dəftərinə gələ bilər, dəstəyinə gələ bilər, kilas aça bilər. Məsələn, mən bilirəm öğrenciler içəridə, çünki mən özüm o ruznamədə işləyəndə görürdüm, Səlamda, ondan sonra İslami Birlikdə zətdə mən işləmişəm bunlarda. Gördüm ki, öğrenciler gedirdilər, tibb döktürlərinə, danışçılarına türk dili öyrədirdilər. Tibb döktürdə oxuyan danışçılara, mühəndislərə, falanlara. Yəni, bir fəaliyyət idi, edirdilər, azı deyildi, böyük təsiri var idi. Yəni, biz məncə hələ də dulqumu olmamalıyız. Sağ olun. Buyurun. İcazə buyursanız buyurduqlarınızı. Pezeşkan məhsinə gəlincə, tamamən mən də sizə razıyam. Amma Pezeşkanın, misal üçün Pezeşkan gediz ərz edeyim. Dəqiqən Pezeşkan o məsələlərdən, məqamlardan birisi idi ki, biz o həzinə fayda elədik və onun üçün dedik ki, hətta Pezeşkanın çıxması
bizim təhlilimiz göstərir ki, bizim daha çox zərərimiz olacaqdır. Yəni dəqiqən bu vurduğumuz misal. Biri var, biri çıxar, sən deyirsən, bəlkə mən bir dərsət qopartdım. Amma bizat əldən vermirəm. Ərzişi var ki, buna qatılasın. Bəli, ərzişi var. Bəlkədir. Bizat əldən vermirsən. Amma dəqiqən misalı fizikçəndə biz təhlilimiz şüadır, təhlilimiz iştibatdır, bilmirəm. Gələcək bəllidir. Və təhlilimiz bu istiqamətdədir ki, ittifaqən bu əgər versə qazancı olur və əgər verməsə zərəri daha çox olur. Bu ikisini kəfəyə qoyanda biz bu qərarda olduq ki, deyək fizikçən gəlməməyi daha nəfimiz ola bilər. Çünki gəlsə, işləri görməsə, vurduğu zərər daha çox ola biləcəkdir. O əldə balacaq olan mənfəətdir. Hələ bu tartışıla biləcək bir məqamdır. Tartışıla biləcək bir mövzudur. Bunların haqqında çoxlu nəzərlər içəridə, eşikdə tartışılır. Mən özüm də sizə tay düşünürəm. Bəzi partilər də bilirəm ki, sizə tay düşünürlər. Amma eyni halda yenə də deyim, məsələn, baxanda insanların heç birisi getməyiblər ki, rəy verək bizim haqqımız olmasın. Rəy verək bir şey alaq əldə eləyək. O cümlədən mənim nəzərimdən buradan bir qazanc var. Türklüğün üstündə bu səfər Azərilik yox idi. İranın rəsmi ədəbiyyatı, siyasi ideolojisində biz Azəri yox, Türk deyilik. O yox oldu. O aradan getdi. Dost düşmən kamilən bəlli oldu. Kamilən bəlli oldu. Yəni indi məsələn mən dünənlər bir dənə 18-19 yaşında xanım qız Təbrizdən saatlarca məndən şey soruşubdu özü. Görmüşəm nə qədər əlaqə, nə qədər maraq, biz çox türklüyük, mən türkçüyəm filanam. Yəni çox sevindim ya. Bunun yanında eşidirdim məsələn. O xanım qızdan mən eşitdim ki, dedi ki, Təbrizdə bu tür bir şey görsənməmişdi ki, məsələn mən gördüm Təbrizdə bu seçkilərdə insanlar hamısı mən türkəm deyərək danışırlar. Bu çox önəmlidir. Məncə elə burada bir zəfər var. Bunun özü bəhs yaradıb. İndi onu rəy verməkdən deyil bu ha. O bəhsi ki vardı, o bunu yaradı. Hər halda gələcək göstərəcəkdir ki, nə vardı? Amma önəm məncə çox daşımamalıdır. Çünki biz yenidən o rəy verən, verməyən birləşib türk olmalıyıq. Qeydib türk milləti olmalı, Azərbaycanlı olmalı. Tamam əziz dostum. Siyasi olaraq sizin təşkilat siyasi olaraq hangi dövlətin siyasətlərinə yaxınsınız? Çətin sualdır bunu. Tək bir dövlət mən deməyim, Türkiyə Azərbaycanın məxlutu. Amma bir bölümdə yəni hətta idarəçiliyə düşüncə Amerika da ola bilər yəni. Qalib hansı bölümlərə biz siyasət xaricisi nə cürdür, siyasət daxilicisi nə cürdür? Hər birisində fərqli ola bilər. Belə genəldə siyasi düşüncələr də, hələ idarə bölümü sonra soruşacağam. Siyasi düşüncələrdə, yəni sizin siyasi düşüncədə, partizin siyasi düşüncədə haranı çox yaxın görürsünüz özünüzə? Ya haranı məsələn ülgü kimi tutursunuz ki, mən istəyirəm siyasətdə bu cür, heç olmasa buna yaxınlaşam ya bunu keçəm? Hələ ona ərz edirəm, Hörmətin Səfər bəy. Bax, xarici siyasətə gəlincə, Azərbaycanla Türkiyənin xarici siyasətlərini daha biz özümüzə yaxın bilirik. Yəni o politika ilə qabağa getməli. Və toplumun içindən necə davranışın, iç siyasətə gəlincə daha çox vaqiəti Amerika toplumunu, Amerika siyasətini üstün bilir. Yəni bu fərqlər buradan gəlir. Amma bu 3 dənə olur da, yəni dolayısıyla əgər sizə xidmətçisi. Misal üçün Amerikada daha çox toplumun içində liberalizmin daha çox yer verilməsi var. Özgürlüyü, inanc özgürlüyündən tutun ta insanların hər sahədə özgürlüyünü daha üstün verilməsi vardır. Bəli, Azərbaycan və Türkiyə gəlincək bu toplumun içində biraz fərqli özünü göstərir. Təbii olaraq bu da camiədən və toplumdan yaranan bir məsələdir ki, həmin üstünə daşınır. Ha, bu da tamamən başa düşülə biləcək məqamdır. Bəli, çünki olğu buyurdunuz, olğu tuturuqsa, biz ona daha çox olğu tutarıq. Gözəl. İdeolojik olaraq hangi dövlətin ideolojisinə, ya hangi ideolojiyə, dövlət olmasa belə ideolojiyə yaxınsınız, ya hangi ideolojini üzərində qurulmusunuz? İdeoloji üstündə qurulmuş şayad bir təbirlə desək, bir ölkənin ideolojisine yaxın ya uzaq yox. Onu mən istəmirəm cavab verəm. Yəni ölkə ilə dəyərləndirmir. Çünki hər bir ölkənin ola bilər zaman gəlsin ideolojisi dəyişilsin. Taktiklər dəyişilsin. Ola bilər o qədər etki buraxsın ideolojisi dəyişilsin. Bəli bizim yarandığımız ideoloji bir növ nasionalizm ola bilər.
Bəli, o qədər də yəni ideolojik yaranmış bir təşkilat deyilik. İdeolojik də yanaşmırıq məsələyə. Çünki bu nasionalizmin özünə əgər biz deyiriksə ki, biz indi bu məsirdə istifadə elədiyimiz etnonasionalizmdir. Bu eləyə bilər. Güney Azərbaycanın azadlığından sonra dəyişilsin. Yəni formatın dəyişdirilsin. Onun üçün həm ideoloji olaraq biz nasionalizmə inanırıq və bunu xəritə bilirik özümüzə və həm də bilmirik. Yəni bunun fərqli üçün qolları var, fərqli şivələri var nasionalizmin. Orta gedə bilər. Bu özünü burada da göstərə bilər. Hətta bəzən məqalələrdə də yazıb yayırıq. Biz Güney Azərbaycandan xaric, Farsa qarşı, yəni Fars hakimiyyətinə qarşı, misal üçün, etnikə dayalı nasionalizmik, türklüyümüzü bol deyirik. Hələ Güney Azərbaycanın öz içinə gəlincə, etiqadımız liberal nasionalizmdir, yəni şəhvən mehvərlikdir. Yəni Güney Azərbaycanın öz içində bir azad hakimiyyətdə mən türklə, filanı Fars, filanı erməni, filanı Kürd, Güney Azərbaycan azad ölkəsinin içində o qədər fərqim olmuyor. Yəni heç şey fərqim olmuyor. Hüquqa biz hamımız cavabdeh olmalıyıq. Bəli, mən bunu indi eləyəməm, təsərri verəm Fars hakimiyyəti ilə mübarizəmdə. Bilirsiniz, bu üçün fərqli qollarda həm ideolojik, həm dəyilik. Yəni, bu təbirin desən daha yaxşı ola bilər. Gözəl. Gözəl. Hüquqi olaraq, yəni qanunsal, hüquqsal olaraq hansı dövlətə yaxınsınız ya hansı dövlətin hüquqi sistemin ülkü kimi görürsünüz? Amerika. Nəcəb Amerika hüquqi cəhətdən? Çünki bir qanun ki yazılır, hörmətli İnsaf Əli bəy, o qanun gərək icra olunur. Olmaz mən qanunu yazam, amma icraya gəldiyimdə şəxslərin o ləhzə düşündükləri yaxud təsminləri qanundan üstünlüyü olmuş olur. Qanun icra olunmalıdır. Mən hala deyirəm Amerika, o qədər də ideal bir zat deyil. Vəli əsas məsələ budur. Bir qanun əgər bir hökumətdə varsa, o qanun icra olunmalıdır. Bir nəfərin səsinin və düşüncəsi eləyənməz qanundan üstünlük gətirsin, üstünlük verilsin. Feili halətdə görünən odur ki, Amerikada bir sistem yarana bilibdir. Oranın da axsaqlığı çox-çox öz yerində. Siz ona daha çox yaxın yaşayırsınız orada. Vəli bir qanun və sistemi yaranıdır ki, o qanun və sistemdə o qədər nizarəti orqanlar vardır ki, bu orqanların nizarəti eləyə bilsin. Bu, məsələni sağlasın ki, şəxslər etki buraxa bilməsinlər o sistemə. Əsas məsələ budur. Ola bilər, dedim, orada da bir çox axsarlıqlar var. Vəli biz ən azından Orta Doğuda biz bunu görmürük. Orta Doğuda məsələn məclis yaranır, məclis qərardır, qanun verici bir məqam olsun, ancaq orada şəxslərin bir-birinə olan münasibətləri təyin edir ki, hansı qanun təsdiq olsun və necə icra olunsun. Və bu olası iş deyil. Yəni, mən Güney Azərbaycanın müstəqilliyindən sonra istəmərəm ki, belə bir sistem gəlsin, otursun. Çünki həman sistem ki, İran İndiyənin içində vardır. Yəni, həmanı biz bazitorid eləməyəcək. Dolayısıyla bir uyğu tutduğumuz ora ola bilər. Yaxud İsveçin özü ola bilər. Azad, demokratik ölkələrin içində olan sistemlərin dolanması. Məsələn, mən İspaniya demirəm. İspaniya dediyimdə üçün orada demokrasi var və həman demokrasi azınlığın haqqını alır. Orada olan katılanların haqqını vermir. Yəni bir sistem elə ola ki, o əqəlliyyətin də haqqını verir. Bir neoliberal demokrasi hakim ola bilərsiniz. Uyğu dediyinizdə ola bilər, İsveç ola bilər, Amerika ola, ya bunlara bənzər bir ölkələr. Gözəl. İdarə sistemi olaraq, yəni o dövləti, o məmləkəti idarə eləmək sistemi olaraq hansı idarə sistemə yaxınsınız ya hansı sistemi gözəl istəkli görürsünüz, görünürsünüz? Yaşadığım ölkə İsveç daha çox yaxşı ola və uyğun ola bilir. Yəni burada partilər, bir çox ölkələrdə əlbəttə belədir. Yəni partilərlə siz partilər məclisə gedir, partilərə siz səs verirsiniz. Partilər gedir məclisə, partilər arasında bu çəkişməklər olur. Rəis cümhur yəni oradan seçilir və bu hizb mehvər, təhəzzüblü olan bir sistemin içində. Millət yavaş-yavaş öyrənməlidir ki, qabağa getsin. Çünki da şəxs mehvərlikdən çıxılır eşiyyət. Onda bir pezeşkanı gəldi, hamı demir, pezeşkan belə eləyəcək, elə eləyəcək. Bir təşkilata baxır, hizbə baxır. Yəni o hizbəsin zaman əlini qoysun, qulunu qoysun. Fərq eləməz. Çünki istədiyi insan olacaqdır. İstədiyimiz sistem məsələn İsveç kimi ölkə ola bilər. Gözəl. Hansı dövlətlərə ya millətlərə yaxın olmağı düşünürsünüz? Dövlət olaraq təbii ki, bütün türk dövlətlərini özümüzə yaxın bilirik. Turanı özümüzə yaxın bilirik. Və inanırıq ki, bir zaman, bir iddia kimi yox, inanırıq ki, bir zaman bu Turan gerçəkdən qurulacaq. Azər Fərənsəsi də ki, fəqət Güney Azərbaycanın yaranmasıdır.
Və dolayısıyla millətləri amma necə özümüzə yaxın bilək, Türk milləti böyük bir millətdir. Bütün Türk dövlətlərinin hamısı özümüzə yaxın bildiyimiz, təbii orada yaşayanları özümüzə yaxın bilirik. Və qalan millətlərin də yaxınlaşması qalıb onların bizim milli mənfəətlərimizlə gecə yanaşmalarıdır. Misal üçün, indi ələn ərəblər özəlliklə daha çox bizə yaxınlıq göstərirlər. Milli mənfəətlərimiz də feilən üst-üstə düşür. Bəluslar da hakeza. Onun üçün onlar da biz dost kimi baxa bilirik. Əlbəttə bu İran daxilində olan ərəblər və bəluslar da mən qəsd edirəm. Yəni ola bilər o bir ərəb ölkələrin ki, şayət o qədər üst-üstə düşmüyor bizim istəklərimizlə. Dost millət də bunlar ola bilərlər. Feil alətdə biləmiz. Sağ olun. Hangi dövlətləri düşmən tanırsınız? Düşmən tanırıq. İzninizlə feilən suala cavab verməyəm. Nədən? Çünki hüquqi yük daşıyır və bu hüquqi yük daşımağı da ola bilər sorular, fərqli sorunlar yaratsın. Yəni tarix, yəni siz sistemi... Mən yaşadığım ölkə olar. Çünki burada hüquqi açıdan qəblən də başımızda oyun açıblar bu dediklərimizdə. Çünki bir dövlətlə düşmançılıq elədiyinizdə bir təşkilatın sözsüz olaraq o hüquq daşlığında sənə şikayət haqqı doğur və əziyyət edirlər. Onun üçün əziyyətlər. Bəs onda birəsi soruşum. Sizin düşməndən bir tərifiniz varmı? Ya düşmən dövlətdən? Bu gözəl sual ola bilər dəqiqən. Bu gözəl tərif ola bilər. Düşmən dövlət bəli. Düşmən dövlət o dövlətdir ki, yenə də dolayısıyla gəlir yetişir o milli mənfəətlər. Mənim millətimin haqqını əlindən alan olur mənim düşmənim. Yaxud o haqqı əlindən alanın yanında duran dövlət, o da dolayısıyla elə mənə düşmən sayılır. Yəni İran hakimiyyəti mən açıq deyə bilirəm ki, mənim düşmanımdır. Niyə? Çünki mənim millətim zülmə məruz qoyur. Bütün varlıqların əlindən almağı edir və istəyir də ki, etsin. O mənə düşmən sayılır. Bütün ərkanı ilə. Bu düşməni də qidalandıranlar ayrı dövlətlər vardılarsa, onlar da mənə düşmən sayıla bilərlər. Həmin o 3 kateqori ki böldüm, o kateqorida bəzi kişilərlə ölkələrə ərzlərin xidmətçisi, onlar bunu qidalayırlar. Yəni Çindir, Rusiyadır, açıqca misal üçün İranın yanında durmaq qəsdində, cəhdindədirlər və deyirlər də bunu. Təbii mənim münasibətim onlarla yaxşı olmayacaq, dövlət olaraq. Çünki onların yanında durmaq elə bir İran dövlətinin yanında durmaqdır. Belə. Hangi millətləri və dövlətləri rəqib tanırsınız? Azərbaycan millətinə ya Azərbaycan müstəqil dövlətinə. Əslində tarix boyu hörmətli Səfəli bəy, görsənir ki, Türk milləti bəlkə də bizim axsaqlığımızın birisi elə budur ki, biz heç bir digər dövlətə ya millətə əslində, dövlətlər də millətlərdən yaranır dolayısıyla. Yəni heç bir millətə biz rəqib kimi baxmamışıq. Və bəlkə də başımda gələnlərin bir bölümü də elə bundan asılıdır. Hər zaman çalışmışıq ki, çox demokratik bir ortam yaradaq, biz öhdələnək bu demokratizasiyonun həzinəsini və sonra onlar faydalansınlar. Biz özümüz faydalanmadıqda olsun, nə olar ki, biz Məzlum babanın birisiyik. Uzun tariximizə baxdığımızda biz həmişə belə olmuşuq. O demokratizasiyonun həzinəsini biz öhdələnmişik və rəqib kimi baxmamışıq. Amma bizə qarşı olanlar rəqib kimi baxıblar. Çünki rəqib düşüncəsində olub, deyib, aha, bu həzinəni atıb bunun çiyninə, bu geçsin top gülləsi qabağına, əzilsin, sonra mən gəlir kesin qabağa. Dolayısıyla bizə rəqib kimi baxırlar. İndi elə Fars milləti bizə rəqib kimi baxır. Kürdlər bizə rəqib kimi baxırlar. Çünki düşünürlər, hər ikisindən də bizim ərazi müşkilimiz var. Fars milləti ərazisini genişləndirmək istəyir, Güney Azərbaycan ərazisində Kürd milləti ərazisini. Mən təşkilatları deyirəm, mən bunu deməliyik, Avropa yaşamanın özünə görə quralları var. Mən təşkilatlarla təbii ki, qəsd edirəm. Təşkilatları torpağımıza göz dikmələri var və çünki torpağımıza göz dikirlər, bizə rəqib kimi baxırlar. Bizim zəifimiz vaxtı birisini sevindirir, yəni o mənim rəqibimdir. Mən indi tutum 2 dənə ola bilər. Ya mən deyəm, sən mənə rəqib olsun. Mən yenə gedəcəyim qabağa, hər işi görəcəyəm, o sügə bir süfrədə oturaq. Keçmişdə göründüyü işdir bax kimi. Ya da siz buyurduğunuz kimi, yəni sual verdiğiniz kimi mən də rəqib kimi baxmalıyam birisinə. Biz bundan yana ki, biz rəqib kimi baxaq. Çünki onlar rəqib kimi bizə baxırlar. Bizə Fars toplumu və Kürd toplumu rəqib sayılır Güney Azərbaycanda. Bizim ərazimizdə rəqib kimi baxsaq nə olar, nə dəyişər? Rəqib kimi baxsaq bizim üçün dünyada nə dəyişər? İzninizlə bir misal vurum. Rəqib kimi baxmamaq budur ki, mən birisi ilə o qədər xoşum gəlmir, amma bir futbol timindəyəm.
Bəli deyirəm, bu futbol timində hədəf, hamımızın hədəfi ortaqdır. Bu timin qazanması. Pasta verirəm, pasta Allah. Bu olar rəqib kimi baxmamaq, sevmədiyim birisi. Amma rəqib kimi baxmaq, yəni yox. O bir komandadadır, mən bir komandadayam. Qərardır bu camı biz aparaq. Cam nə mənədir? Misal üçün İranla savaşmaq. Onun üçün mən hər zaman baxmalıyam. O savaş ərəfəsində hansı daha mənə üstünlüyü sağlaya bilər? Bu rəqibimin həsf olması üçün bəlkə mən bəzi işlərə əl vuram, onun yanında duram. Bəlkə onu həsf eləmək üçün zamanında bunun yanında duram, amma o fasilələrimi hifz eləyərək. Yəni bunlar çox-çox təyin edicidir. Yenə də mən altını çizərək ərz edirəm. İnanırıq biz bütün tariximizdə vaqəən bəlkə keçən 20 il bundan qabağa qədər, 15 il bundan qabağa qədər, hətta İslam inqilabında da özünü göstərdi. Hətta cibhədə savaşda da özünü göstərdi. Hər zaman türklər qabaqda olub. Deyirəm yenə də azadlıq, demokratizasyon hər bir zamanda qabaqda olub və bütün xəzinələri verib və heç bir zətdə əldə etməyiblər. Dəqiqən də zəif buradan gəlir. Biz rəqib kimi baxmamışıq. Rəqib kimi baxmaq yanlış deyil, ya insanı insaniyyətdən udul verən bir məsələ deyil ki. İnsan rəqib kimi nə olar ki baxsın? İnsan bir idarədə işləyir, öz həmkarı ilə belə rəqabətdə oluşu daha üstün yerə gəlsin. O pis olmadığı halda bu nə cür pis ola bilər? Baxın sən milli mənfəətlərin uğrunda istəyirsən, qabağa gedəsən və onları əldə edəsən. Onun üçün Hörmətin Səfəri bəy, rəqib kimi yanaşmaq, yəni ki, siz milli mənfəətlərinizin əsasında vaz keçmədən zamanı gəlincə ola bilər, bəzi düşmənlərinizin arasında birinin yanında durasınız. Həmin iş ki, Atatürk gördü. Atatürk əgər biri bəri başdan dursaydı, bütün dünyaya rəziz olsaydı, Türkiyədən zərrə qədər qalmamışdı. Fransa ilə birləşdi, o tərəfi vurdu, oradan yanında durdu, üstə hələ azad elədi. Həmin metodla qabağa getmək. Yəni rəqib kimi yanaşmaq bizim axsaq nöqtəmizdir, yəni əslində vaqiyyətinə baxsaq. Cənab Mərdani, mən bu sualı qoyandan bu düşüncəni istirdim ki, görüm nə cür olur. Və demək olar ki, əgər yadımda qalsa təhcə parti ki, rəqabəti bu cürsü görürsünüz. Yəni hətta mən sizdən biraz indi üçün axir partidir. Mən burada nəzərimi də deyirəm. Mənim öz düşüncəm də budur ki, siz rəqib gördüyünüz adamı həsf edəcəksiniz. Osmanlını həsf elədilər, rəqabətdə idi. Qacar həsf oldu, rəqabətdə idi. Türklər həsf oldular İranda, rəqabətdə idilər. Biz rəqabət eləmədik, başarmadıq ya da ki, nə bilim, çox insancıl baxdıq. Məsələn, İspaniya, İtaliya, Portugal, İngiliz, dünyanı getdilər, sömürdülər, getdilər, pullandılar. İndi bunlar sirvət yaratmayıblar ki. Əslən sirvət yaratmayıblar. Bunlar o sirvətləri qarət ediblər, onun üstündə oturublar. Hindistandan gətirdiyi sirvətin üstündə oturubdur. Kanadadan gətirdiyi sirvətin üstündə oturubdur. Yoxsa bir sirvət düzəltməyiblər, fəqət qarət ediblər. Amma biz deyilmişik, biz də dünyanı almışıq, onlardan çox, onların torpaqlarında gün batmırdı. Bizimkində 24 saat elə gün idi. Amma məsələ budur ki, biz orada rəqabət baxmadıq. Özümüzü gücləndirmək yox, elə onlar haqq sahibi olsunlar. Yəni, ən demokratik, mən bunu dəfələrcə demişəm, ən demokratik hakimiyyəti dünya tarixində, mütəəssifənə mən burada dostlarla danışanda, hizblərlə bunu deyəndə çox narahat olurlar. Deyirəm ki, siz Avropa məhvərdə baxırsınız, çünki beyniniz o cürsi yuyulubdur. Biz sən baxın, öz tariximizə, biz məsələn demokratik sistem nə deyirsiniz? Biz harda getmişik, məsələn Kanadalıların hamısını öldürmüşük, torpaqlarını almışıq. İndi mən bunu hey deyirəm, Kanadanın torpaqlarının 89% mələkənindir. Və ora mən geçsəm, təsadüfən girsəm, ora güllə ilə vurub mən öldürərlər. 91%, yəni bu cür deyil. Siz harda gördünüz, sən Osmanlı alıb da Afrikanı, gördün deyin ki, 1 metr Osmanlının burada adına yer var. Qacarın adına siz 1 metr yer tapın İranda. 1 metr. Deyin ki, məsələn, bura Nasiruddin Şahındır. Rıza Şahın adına 5 min dana, 2005 min dana deyirlər ki, mən kəndi alıbdır. Öz qəbaləsi var yəni. Baxın, mən rəqabəti hətta düşməni həsv eləməyə görürəm. Mən özüm şəxsən. Düşmənin həsvinə çalışacaqsın. Həsv eləməsən, düşmən səni həsv eləyəcək. Urpalıların da bir gözəl məsələ var. Deyirlər ki, o zaman ki, 3 dana güc bir yerə yığıldı, ikisi birin yıxmağa çalışır. O 3 danadan ikisi birləşər, o bir dananı yıxmağa. Hər halda çox sağ olun. Sevdim bu düşüncəni. Var olun. Bu
bu açıqlıqda ya danışmamışlar ya da ki bu açıqlıqda danışmamışlar əsla. Rəqib dövlətlərə qarşı. İndi sualımız, mən demişəm bunu, heyf kaş deməyeydim. Necə bir siyasətlər və strategilər düşünürsünüz? Rəqib dövlətlərə qarşı. Gənə açıq danışılsın da, nə qədər danışılır. Elə söhbətlərinizə mən qayıdım. Fikəm yekonu da siz qəşəng vurdunuz. Mən nəzər deyim ki, təbliğat hüququ siz də yaşayırsınız xaricdə, üçün sorun yarana bilər. Düşmən həsf olunmalıdır, bəli, nəhayətdə. Bu vaqiyyətdir. Ancaq o həsfə gedibcə, yəni o həsf məsirində bütün əlimizdə olan imkanatlardan da faydalana bilərik. Yerinə gəlincə, yerinə baxınca. Düşmən dövlətlərimizi, əsas düşmənimizi həsf eləsək, yəni İran hakimiyyətini, o biri düşmənlər də şayət hətta dosta çevrildirir. Çünki onlar da baxacaqlar öz milli mənfəətlərinə. Və gələcəkdə misal üçün yaranan Güney Azərbaycan dövləti o qədər potansiyeli var ki, bir çox süpergüzləri hətta özünə dost eləsin. Süpergüzlər dost olurlarsa, dolayısıyla o biri ölkələr də dost ola bilərlər. Əsas bu, başda gedən düşmən həsf olsa, o birilər həsf ola bilər. Yəni lazım da deyil bəlkə onlarla hətta biz. Yox, indi düşməndən danışmırıq, rəqiblərdən danışırıq. Məsələn, ölkədə farslar var, ərəblər var, türk dünyası var, ermənilər var, kürdlər var, getdin uzaqlar, gürcülər var, ruslar var. Əlbəttə Rusla biz rəqabət eləmirik. Təbiətən ki, o feylən güclü, çox güclüdür. Biz onunla rəqabət eləyə bilmərik. Amma çoxlu məmləkətlər var ki, biz onlarla rəqabət eləyə bilirik. O istiqamətdə söhbətlər, Mətin Səfərov, yəni daha açıq ərz eləyim. Biz rəqabətdə oluruq bəzi dövlətlər bir-birimizlə. Misal üçün, Amerika o zaman gəldi, siyasət müvazini dolananı apardı, İranla Əraq. Hərdən bunu dəstəkləyirdi, hərdən bunu dəstəkləyirdi. O süpergüc üstə bu ikisi bir-birindən rəqabətdədirlər. Mən bir dövlət olaraq eləyə bilsəm, özümü ya süpergüc həddinə gətirəm ki, jeopolitik açıdan baxdığımızda Güney Azərbaycanda o potansiyel var, ya da ölkəmin kənarında olan dost ölkələri, Türkiyə Azərbaycanı bir yığan bir yerə, həmin Turan formatında bir zada ki, özüm süpergüc ola biləm bunlarla bərabər, da mən rəqabətə ehtiyacım yoxdur ayrılarla. Çünki özüm ya süpergüzəm, ya süpergüzün direkt marağını qazanmışam. Da mən rəqabətə ehtiyacım yoxdur. Ölkələr rəqabət edirlər ki, eləyə bilərlər özlərini o süpergüzlərdən daha çox payın qazandırsınlar bir-birlərinə. Və yaxud da özüm ya süpergüz oluram, ya direkt o marağını qazanıram, ehtiyacım olmayacaq mənim rəqabətə. Qarşımda olan məli bu ölkələr olacaqlar, siz buyurduğunuz kimi. Bizə rəqib kimi davranarlar. Onların da iki formətləri ola bilər. Ya açıq düşmənə çevrilərlər, ya məndən dost olarlar. Dost olarlar ki, fəvəl murad, ya da düşmənə çevrilərlər ki, mən inanıram bəziləri düşmənə çevrilərlər. Çünki tarixən olar bizə hər zaman düşmən kimi davranıblar, əllərinə gəlib bizi qırıblar, ciloluğu yaradıblar. 1325-ci ildə də gəliblər bizi öldürüblər Azərbaycanda. Onlar bizə imkanı yoxdur məncə. Dost kimi davranırlar. O şəraitdə düşmən olurlar. Düşmənlə də savaşarsan. İndi mən məsələn baxıram Japona, Koreya. Görürəm ki, bunlar həm qonşudurlar, həm də nəcad olaraq bir-birlərinə yaxındılar, dil olaraq bir-birlərinə yaxındılar. Amma əcib rəqabətləri var. Məsələn, maşın, hər ikisi maşın düzəldir. Minməli maşından danışıram, yəni otomobil. Maşın düzəldirlər, keyfiyyətində rəqabət edirlər, bu onun bazarını, o bunun bazarını almağa çalışır. Bizim bir ustadımız var idi Tehranda danışqahda, deyirdi ki, dostlar, o bizə deyirdi, dostlar, hər evdə Japonun kültürü və fərhəngi yatır. Bir dənə misal vururdu, təhqiq eləmişdi, təhqiqin nəticəsi kitab olubdu, İranda da vardı, biyolog. Deyirdi ki, İnqilabdan qabaq, məsələn 54-də film, ya 52-də sinemalarda filmi verir. Filmlərdə gedirlər, Japonun filmini verirlər. Gedirlər, dururlar, adamlardan çıxanda soruşurlar ki, film nə idi? Adamlar deyirlər, bilmirik ki, biri birinin bacısıydı, kim kimin bacısıydı, kim kimin əri idi. Çünki adamların adlarını ki, zehninə gətirmirdilər heç. Əslən, bunların kim kiminlə rabitəsi nədir, onu baş tapmırdılar. Çünki göz adət eləməmişdi Japon qiyafəsinə. İnqilabdan sonra Oşin gedəndə, Oşin əgər yazı Salhay Durəs, nə mənə İlxani idi, nə idi adı?
o dizi yayılanda bu təhqiqi təkrar eləyibdi. Bəzi adamlar 57 dənə Japonlu karakterin adını bilir. Baxın, dünyada bu İngilisi dili ilə, heç olmasa Orta Doğuda İngilisi dili ilə rəqabət edir. Çin indi dünyada rəqabət edir. Yəni siz buyurun güclənəcəksən, rəqabətə gedəcəksən, evlərə girəcəksən. Bizim o müəllim deyirdi ki, bu qələm ki görürsünüz, bu vəsilə deyil. Bu fərhəngidir. Siz bunu sındırsanız da fərhəngi sındırmasanız. Tüm bu üstə baxsanız Japon, Kore, Alman, filan. Biri də ki olanda deyirsən ki, filan yerinkidir. Çünki şeydir. Yəni qəzavət sizə verir. Qəzavət verdiyi üçün o rəqabəti siz almısınız zaten zehninizə. Yəni onun ya qurbanisi olmuşsunuz, təslim olmuşsunuz ona. Ya məsələn biz Japon, Alman cinsi deyəcəklər bizə. Bizim insanlarımız Almanla çox etimadları var. Çinə etimadları yoxdur. Hətta Kanadada da o cürdür. Kanadada Alman cinsi desələr insanlar gözü bağlı alarlar. Çin cinsi olanda tamam gərək bu məsələn %10 məsələn %20-30 ucuz olar ki alar. Yoxsa almaz. Bilir bunu alacağam məsələn təmiratı da olmayacaqdı bunun. Yəni təmiri də yoxdur. Amma Alman cinsini alacağam həm təmiri var, həm də gedəcək daxil. O çox ciddidir. Hər halda o rəqabət istədim o misalı buram ki, yəni rəqabətə biraz daha geniş baxmadıq. Xüsusən ekonomi sahəsində belə. Bütün bəhsimiz bizim etniklər arasında olan rəqabətdən gedir və o millət də dövləti yaradır. Gerçəkçil baxmalıyıq. Yəni, məsələn, Çinlə, Japonla Kore arasında yox, Japonla Çinin arasında olan rəqabətə baxmalıyıq. Japonu qırğın içi getdi Çində saldı və sonra onun əsasında olan fəcailədən indərin münasibətləri nə, hansı durumdadır. Bizdə bu qonşu millətlərimizlə bir keçmişimiz var. Necə ki Ermənistanla Azərbaycan, yəni bu şayət 4 nəsil, 5 nəsil çəkər. Hələ savaş sülh müqaviləsi imza olunandan sonra ki, Azərbaycanlılarla ermənilər bəlkə bir-birlərinə eləyə bilərlər, siz buyurduğunuz o rəqabət fəzasına girə bilər. Ondan qabaq bütün keçmiş tarixlər var, keçmiş fəzai var. İstər-istəməz iki etnik savaşına çevrilir. Bu təbii ki, özün sənətdə də göstərəcək, o bir yerdə göstərəcək. Bu savaş tərəfində olan bir rəqabət dəqiqən. Normal rəqabət fəzası deyil. Bəli, normal rəqabət fəzası çox da gözəl ola bilər hətta. Siz işarə buyurduğunuz kimi çox gözəl də ola bilər. İnşallah onda biz, məsələn biz Azərbaycanla Türkiyə ilə eləyə bilər rəqabət eləyək. Bu istehsallarda, sənətdə filan da bu gözəl bir rəqabət fəzası ola bilər. Ekonomidə. Gözəl, gözəl. Hangi dövlətləri və millətləri dost dövlət və millət tanırsınız? Hər zədədığım kimi Türk dövlətlər və onlardan Türk millət, yəni Türk millətinin dövlətləri, hamısı bizə dost kimidirlər. Dost kimində yanaşılır, biz onlara dost bilirik özümüz. Hangi özəlliklərlə, həman farsda deyilək xüsusiyyat, vicəgiha, bir dövləti düşmən, o birisin dost, o birisin rəqib tanırsınız? Milli mənfəətlərimizə necə yanaşmaları ilə. Ərz elədim, 3 dənə kateqoriyaya böldük. Təqribən həmin sual, həmin istiqamətdə. Milli mənfəətlərimizə necə yanaşmaları təyin ediblər bizə. Dostlar, düşmənlər ya rəqib kimi yanaşırlar. Gözəl. Tərifiniz düşməndən, dostdan və rəqibdən nələrə dayanır? Tərifən nəticələr müşərrət olur. Düşmən, dost gəldiyimizdə milli mənfəətlərimizin bərpa edilməsində də bizə yardımcı olanlardılar. Düşmən milli mənfəətlərimizin əleyhinə çalışanlardılar. Rəqib, onlar da milli mənfəətlərin, belə bu təbirlə deyəm, bizim milli mənfəətlərimizin üstündə tərif edirlər. Yəni, məsələn, bizim qonşu mərdumumuz var, şəhət o qədər millətdə deyilmək ola bilməz. Siyasi açısından ərzəyəm, yəni bilimsel olaraq ərzəyəm. Ki, Əraqda filan da yaşayırlar. Onlar bizə rəqib kimi yanaşırlar. Çünki öz milli mənfəətlərin bizim milli mənfəətlərimizin üstündə təyin edirlər. Nə cür? Dilimiz onlarla fərqlidir, ortaqlığımız yox. Kültürümüz fərqlidir, ortaqlığımız yox. Etnikimiz də fərqlidir, ortaqlığımız yox. Yəni, bir-birinə tərif olanmaz. Amma o coğrafiyasını gəlib mənim coğrafiyam üstündə təyin edir. Burada mən rəqib oluram. Bu rəqabət eləyə bilər, sonra özü düşmançılığa çevirirlər. Zamanı gələ bilər, mənim qarşımda durar. Və də zamanı gələ bilər ki, vaz keçər, onu ola bilər, hətta elə dosta da təbdil olunsun. Yəni, bu rəqib bu özü seçir ki, hansı mərhələyə özünü daşısın. Gözəl. Və bizim reaksiyamız da əlbəttə onda təsir qoyur ya qoymur?
Müsəlləmə reaksiyamız təsir qoya bilər. Reaksiyamız mən də söhbətlərimdə daha sonra misalla Səsiz kəsildi ya, nə oldu? bunu mən şarja qoymuşdum. Bu şarjı da mən gecə şarj eləmirmişəm. İcazənizlə bağışlayın bilərsə. Tamam, xahiş edirəm. Əziz və hörmətli utar, tamam, Böyle buyurun. bu lafı çıxmışdı burada. Misalı bu ola bilər ki, biz təbii ki, hörmətli İnsan bəy, bizim reaksiyamız bizim düşmənimizin nə qədər cəri olmasına da səbəb ola bilər, ya dalı oturmağına səbəb ola bilər. Hakeza rəqibimizi də yerində oturmağına və sonra da gələcəkdə dolayısıyla dostumuz olmağı tərğib edə bilər, ya da hətta onu düşmənə çevrilə bilər. Biri var ki, gələ mənim torpağıma göz dikə, mən deyəm hələ boş verəcəm, nə olsun, ya biraz da səninki, bu tərəfdə səninki olsun, o onu mənə dost eləməyəcəkdir. O daha da onu cəri eləyəcəkdir ki, iddiasını çoxalsın. Yox, mən onun qarşısında dayansam, diyaloq məhvər gəlsəm, desəm, nə hansı addımı atsan, həmin qarşılığını mən də verəcəyəm. Atıram, birini o Trump'ın xarici politikası ilə da nə versən alacağım o qozur kimi. Onda ola bilər ki, bəli, o rəqib yerində otura mənə dost da ola, ya lağəl nötral ola, xunsa ola mənə. Onun üçün bəli, sizin söhbətinizin qüvvətində bəli, bizim təbii ki, təpkimiz və reaksiyamız etki buraxır. Düşmən tanıdığınız millətlər və dövlətlərlə, hətta təşkilatlarla bir yerə gəlmək imkanınız varmı? Müzakirə məsələ. Bəli, qətlən varımızdır. Bunu böyle sözü gəlmişən deyim, fikir müzahidlərlə bağlı bildiriş ki, biz paylaşmışdıq. Bir çox söhbət olmuşdu. Orada otaqların birisində, cəlsələrin birisində, fikir Clubhouse-da. Değerli yoldaşlarım, birisində də bunu sual soruşdu ki, siz məsələn, bu terörist qruplarla da oturarsınız, təşkilat olaraq danışarsınız. Yoldaşlarım hamısı dedilər, yox. Mən çıxdım, dedim ki, bəli. Gənə də deyirəm, bəli. Amerika Talibanla danışdı. Eyni halda terörist bilir. Milli mənfəətləri ayaq altına qoymadan hər bir kəsin adam eləyə bilər, danışan, müzakirə eləyə yox. Çünki hər bir yerdə ola bilər. Bir məqama gəlib çataq ki, mən qazanam, yəni milli mənfəətlər qazansın. Qazanmıram da təzən ayrılıq gedərik. Əsas vəli o milli mənfəətlərdən zərrə qədər dalı addım atmamaqdır. Bir yerə getməməklə, bəzi vaxtlarda təbii olaraq, bəzi vaxtlarda ola bilər ki, bir yerə getməməklə sən milli mənfəətini qoruyasan. Bəzi vaxtlar bir yerə getməməklə orana rəsmiyyət verməməklə milli mənfəətini sağlayasan. Bu da çox gözəl. Misal üçün bir nümunəsi ilə seçkilər. Ora qatılmamaqla biz ora rəsmiyyət verməməklə milli mənfəətimizi qoruyuruq. Təbii ki, yerindən zamanın asılıdır. Vəli yox, müzakirədən qaçan birisi dəyilik biz. O qədər də özümüzə güvənimiz vardı ki, bilirik. Milli mənfəətimizi inşallah heç zaman ayaq altına qoymarıq. Güvəndən əlavə, yəni burası vardı. Düşməni, rəqibləri içəridən bölüb onların birin o birisinin əleyhinə salmaq özü bir işdir məncə. Elə sözdə gənə də qüvvət, gənə də müzahidlər bildirisi ilə gəldim ki, o zaman mən gəldərəcəyəm, hala bəzi yoldaşlar qəbul eləmirdilər. Çünki o zaman əgər diqqət edəsəz, dəqiqən sözlə qüvvət, mücahidlə şahçı tamamən bir-birinə qarşıdırlar. Yəni, mücahid şahçını çırpır, şahçı mücahidə çırpır, İranı da əvvəldən boş verirlər İran hakimiyyəti. Bir-birlərini çırpırlar. Mən əgər eləyəm və ikisi də bizə qarşı düşman kimi davranırlar. Hər zaman. Hətta birləşirlər. Dəqiqən sözlə qüvvət. Mən əgər bəlkə bir zaman eləyə bilsəm, birinə bir çıraq verməklə, o birini qıcıqlandıram ki, bunu daha çırpa, ya buna səbəb olar ki, bu birisi biraz mənə ona qıcıqlandırmaq üçün mənə biraz işıq çıraq verə, qazançdır da milli mənfəətin bir dərsədir. Dəqiqən yəni sözlə qüvvət kamilən sizdən müvafiqəm. Zaman ola bilər ki, adam bu taktikdən istifadə edəsin. Bəli. Rəqiblərlə əməkdaşlığa necə baxırsınız? Məsələn, Kürdlərlə, məsələn, yox, Farsların bəzi qrupları ilə, hüquqi bəşərçi qrupları ilə, demokrasiçi qrupları ilə, cumhuri xalq qrupları ilə, məsələn də bunlarla ki, çox faşisti deyirlər. Doğru. Ola bilər, niyə olmasın? Yəni, bu gənə də mən qayıdıram, biz hər kəsdən müzakirəyə, o müzakirədən yaranan hətta əməkdaşlığa və işbirliyə də biz razıyıq. Gənə deyirəm, Amerika ilə Trump vaxtı Taliban, Əl-Qaidəsi olsun, yəni bütün terörist tanıdıqları ilə hətta əməkdaşlığa keçir. Ancaq əsas məsələ gənə də qayıdır buna, o müzakirədə nələr üstündə müzakirə olunur, hansı müqavilələr bağlanılır, nə alınır, nə verilir. Məsələn, gəlinir, məsəl atıram. Deyilir ki, biz Tehran
Tehranda istəyirik bir eyləm keçirək, bir təzahürat yaradaq. Ola bilər, o iş tərif olunan iş üstündə bəli, mən Kürdlə də birləşəm, ya Farsla da birləşəm, ya hamımız nirumuzu aparaq orada, sonra orada qeyri-həmpuşanı olan məsələlərlə biz danışmırıq. İddiaya ərzini biz danışmırıq ki, həll eləmirik. Bir məsələ vardır, o məsələdə düşmənlə müştərək üstündə savaşırıq. Bəli, ola bilər. Və bir çox məqamlar var ki, eləmək ola bilər. Bunların üstündə adam danışsın, müzakirə eləsin. Və bir məqamlar da var ki, insan görsün müzakirə ilə bir yerə çata bilməz. Yəni, misal üçün biz Kürd təşkilatları ilə oturub Urmiya bəhsin, ya Sulduz bəhsin, ya Sınandaş bəhsin çözə bilməyəcəyik. Vaxtı bilirik ki, çözə bilməyəcəyik, müzakirə getsək də bilirik ki, fayda verməyəcək. Çünki feyran siqnalları yoxdur. Onun üçün müzakirə getmək əbəs iş kimi sayılır. Bəli, dedim, ayrı bir məqamlar olsun, ayrı bir olaylar olsun ki, oranın insan elmsini danışsın. Bir çox sahələrdə eləyə bilərik, biz ortaq fikirlər tapaq. Bir çox təşkilatların arası buyuruz. Farsların içində olan opozisyonun içində bəzi barmaq sayda digər təşkilatlar, qurumlar ola bilərlər ki, onların həmpuşanı nöqtələri bizdən çox olmuş olar. Şayət tamamiyyət ərzə gəlincə, onlar biz deyəni qəbul eləmir, biz onlar deyəni qəbul eləmir. Bəli, şayət müzakirədə buna yetişək ki, hər kəs ana dilində haqqı olmalıdır ki, ana dilində eğitim alsın. Əgər o da razı olursa, niyə ki, yox, qoy bir işbirlik eləyək, bu məsələni həll eləyək. Bu tərəfdən də bir baskı gətirir İran hakimiyyətinə. Onun üçün bəli, hörmətin Səfər bəy, niyə ki, yox. Buna necə baxırsınız? Məsələn, Yaşın hərəkatı olur, İranın hər yeri çalxalanır, Azərbaycan burada bir var ki, dura, müzakirə eləyək, ortaya yıxa, hakimiyyətin qura. Benzinə etiraz qalxır, bir var ki, dura, yıxa, hakimiyyətin qura, bir var da dura qıraqda deyək ki, tamam, sən onları vur cinəm, gələn sərədə məni vur cinəm. Məsələn, bunu necə görürsünüz? Ya məsələn, Jinadır, nədir o qızı öldü, Jina, Zən zindagi azadır. Zən zindagi azadır. Məsələn, orada yenə İran çalxalanır. Məsələn, bir var ki, sən deyəsən, tamam, indi burada mənə bir fürsət var ki, İran mərkəzi dövləti zəifləşibdir. Mən burada həmkarlıq edəsəm, çox zəiflər, yıxaram, dövlətimi quraram, onlar keçsin özləri bilər. Amma daim bunu necə görürsünüz? Teoriya gəlincə, hörməti Hidayət bəy, siz buyurduğunuz tamamən doğrudur. Bu ki, hamılıqca birlikdə biz İran hakimiyyətini yıxa bilərək, yaxud məcbur eləyə bilərək ki, reforma geçsin. Reforma məcburiyyət. Yəni, nə reform, nə revolution deyirlər da ki, nə inqilab, nə islahat, məxlut yaz bu iki dənə. Məcbur eləyə bilərək ki, bunu geçsin o istiqamətə, o məqama çalsın, hamılıqca birlikdə. Vəli, eyni halda bir ayrı məsələ də var, bayaq da işarə elədik. O da bu ki, keçmişimizdən dərs alaq. Yəni, Azərbaycan quş gedəmi, tup olmuyor. Bizim deyəcək o təcrübəmiz olmuyor ki, gedək bir yerə qatılaq və quş gedəmi, tup da olmuyor. Biz hər zaman, hər bir işbirliğə keçmişik. Tarix boyunca nəhayətdə kötəyimiz yemişik. Bu üçün zehnlərdə vardı. Dolayısıyla biraz uzaq gəzdirir. Həm milləti, həm Azərbaycan Milli Hərəkatının bu işbirliklərdən. Əvvəl bəzi mən güvənləri almalıyam ki, bu ortaya girəm. Əgər mən o güvənləri ala bilməsəm, o təzminləri zimni olaraq da ala bilməsəm, yenə də mənim zehnimdə bu ola biləcək ki, yenə də mən gedərəm, həzinəmi də verərəm, tələyə də düşərəm, milli fəallarım həbsdə olarlar, şəhidlərim də olacaqdır. Yenə də mənim əlimizə tuta biləcək, bizə də olmayacaq. Baxın, siz 88-i misal vurursunuz. 88-dən öncə biz ittifaqın azıq olaraq eyni halda ki, o zaman bir çox tənqidlərə məruz qaldıq və sonra hamı da bizim həqqaniyyətimizin altına qoyacaqdı. Biz o zaman azıq olaraq getdik, Kərrubi ilə danışdıq, Musavi ilə danışdıq. Nəhayətdə Kərrubinin danışdığı statların bir çox şəhərdə biz öhdələndik. Müqaviləmiz də buydu. Sən qanun əsasını dəyişdirməliyim deyəcəksən, referendumu yerləşdirəcəksən. Biz də gələcək Azərbaycanda deyəcək, Kərrubi baxın bu sözləri deyir. Cinayətdə də o da dedi. Hətta o zaman yoldaşlar xatırlasalar, Kərrubi birinci dəfə hətta kulli tarix Cumhuriyet İslamidə təğyir qanun əsasından söhbət gedirildi və o federalizmi gətirib qanun əsasında yerləşdirməsini dedi. Kötəyin də o cür yedi. Kərbasçı gəldi danışdı və biz də gəldik millətçiliyimizi elədik. Çünki də biz də gələcək millətçiliyimizi eləyəcək və bütün təzahüratlarımızı keçdik o statların adı altında. İstəyirəm bunu deyəm. Yəni o keçmiş oraya var idi. Amma yenə də 88-ci ilin seçkilərinin sabahından, bir həftə sonrasından, 2 həftə sonrasından həmin Kərrubi və Musavi keçmiş rəftarların təkrarlamadılar. Yəni yenə də qayıtdılar defaultı
o backgroundlarındakı olan o farslıq defaulta. Vaxtı o özünü göstərir. Təbii olaraq Azərbaycanda yenə də öz yerində duracaqdır. Yəni bir zad Yok, verirsə, bakın o cürse demirəm yani. Bakın orada biz yolumuzu ayırabiliriz da. Yani hakimiyet merkezi, mesela Mir Hüseyin qəziyyəsində, o Kərrubi Mir Hüseyin qəziyyəsində hakimiyet merkezi əməldə yıxılmışdı. İranın heç bir yerində, hatta Farslar özləri 100 yere bölünmüş, 2 yere heç olmasa bölünmüşler. Yani müsəlləh güclər də bölünmüşdü, millət də bölünmüşdü, Hovza İlmiyə də bölünmüşdü, yani hər mollalar bölünmüşdülər. Ve biz fakat orada bu değil ki müntəzir olaq ki onlar bize bir şey versin. Biz budur ki fırsattan istifade edip devletimizi kurmak. Yani gözlemiyor ki onlar bize bir imtiyaz versinler. Belki biz Allah necə Farslar keçdilər, ahir aldılar zaman zaman. Biz de böyle o birisi memleketler dedim rəqibə həsf eləyəcəksən. Həsf eləyəcəksin, işini de alırsan ki devletin burada. Hörmətli Səfər bəy, amma pratikə gəlincə, əmələ gəlincə, yəni əməllə baxaq da millətimiz xiyabana çıxacaq. Həzinəsini verəcək. Tutuqlamalara məruz qalacaqdır. Media kimin əlində? Fars məhvər gücün əlindədir. Xəbərləri paylaşan və ictimaya yayan kimdir? Yenə də həmin Fars məhvərə yaxın olan medialar. Yəni millətin ağahlandırılması, cəryanatın gedişatından xəbərləndirilməsi hamısı Fars məhvər medialar əlində. Süpergüclər yenə də kimin qulluqçusundadırlar? Fars məhvər təşkilatları və Fars məhvər düşüncənin qulluğundadır. Dolayısıyla yenə də həmin təkrar olacaq. Yəni mən ola bilər xiyabanda 85-ci ildə hətmən xatırlarsınız, yoldaşlar da xatırlar. Yəni o Təbriz şəhəri əldən keçmiş. Yəni mən özüm əvvəlindən varam Rastlaşdıda quranlardan biri olmuşam. Ta getdə Sivanı düşdülər uşaqlar. Əvvəldən axıracaq varam. Amma medialarda necə yansıdı? İran mediasında 10.000 nəfər, 5.000 nəfər insan çıxmışdı. Bilirsiniz, biz düşməndən ki gözləməyəcəyik. Məsələn, orada radyo, televizyonu ala bilsəydiniz ki, mən yadıma gəlir uşaqlar getdilər, mən onda Türkiyədə idim. Məsələn, kafidir ki, o radyo, televizyonu alıb deyirdiniz ki, bura Təbriz, Güney Azərbaycan Türk Cumhuriyyəti. Yəni, qutuldu, İrandan qurtardı. Milləti çağıracaqsan, dövləti quracaqsan, onlar gəlsinlər orada Pəhləvi hökumət qursun, Xamenei hökumət qursun. Yəni, bilirsiniz, istəyirəm bunu deyəm ki, biz özümüzü düşünməliyik. Özümüzü, millətimizin milli mənafiyini düşünüb, mən bunu buradan mesela bir tane deyək ki, sabahları Xamenei ölür. Biz indi bunu düşünməliyik ki, Xamenei olsa biz burada vəsətdə ki, hər şey qatışacaq bir-birinə. Mən bugün bir analiz yazdım, onu yaydım, danışdım, onu yayacağım. Baxın, müntəziriçi var, Xameneiçi var, Xumeynitsilər var. Ondan sonra bəzi Misbah kimi adamlar vardı ki, tərəfdarları var. Əhmədi-Necad kimilər vardı ki, tərəfdarları var və bunlar küsüblər. Bunlar pay istəyirlər. Bunlar Xamenei öləndə mərkəzi qüdrət yoxdur. Bunlar düşəcəklər. Təbii, o şəraitdə əlbəttə ki, biz girə bilərik. Bəli, indi ələn məsələ bilmədin Səfər bəy. Mərkəzi hökumət var axı. O şərait fərqli parametrləri var. Bəli, indi vaxtı mərkəzi hökumət var. Keçmişimizdə də bu tarixdə göstəribdir. Yenə də göstərir ki, əgər Azərbaycan çıxır, birincisi Azərbaycan şiddətlə baskıya məruz qoyulur, həzinəsini də bu milli hərəkəti verir, ödəyir. Təbii ki, biz addımlarımızı diqqətlə atmalıyıq. Yəni, bu təbir ki, vaqən axır saniyələrdə, axır dəqiqələrdə biz girməliyik, bu yersiz bir təbir deyil. Məsələn, siz baxın, Zən Zindəki Azadlıq cəryanında, ya Məhsə Əmininin ölümündə, mən gənə danışıqlarını bir çox yerdə demişəm, hətta müsahibələrdə demişəm, Azərbaycan qədər heç bir millət və heç bir coğrafiya nə şəhid verdi, nə tutuqlu verdi. Bunu istatistikalar göstərir, bunu amar göstərir. Türklər hamıdan çox şəhid oldu o cəryanın içində. Və Güney Azərbaycanda Təbrizdə Sinan Yusifi bəy yaymışdı o zamanda. 1500 nəfər fəqət bir həftədə tutuldu. Şəhər 2 milyonda. Yəni ki, 20 milyonluq hələ mən Tehranı tutsam, gələ bir həftədə 15.000 nəfər tutuqlanır. Ki, Tehranda o qədər tutuqlama olmamış ki. Yəni, dolayısıyla bu Seqali tutulmağa da diqqət alırıqsa, Azərbaycanda və Təbrizdə, sonra Ərdəbildə göstərdi özünün əsra pənahı şəhid olduğunda, Azərbaycan ittifaqən bu Zən Zindəcidə genə də çox xəzinə verdi. Bəli, elə yansıyıbdır bütün medialarda ki, sanki Azərbaycan kullən susubmuş. Baxın, belə bir ortamda, belə bir durumda, pəs genə də Azərbaycan gəlsə ortada həzinəsini verir
və nəhayətdə necə yansıyır medialarda Azərbaycan bir iş görmübdür ki, bəs buna bir pay edəcək olmaya. Necə ki, indi deyirlər. Çünki siz heç iş görmübsünüz, sizə bir pay verməyəcək. Biz o zaman gəldik ortaya. Bəlkə bu daha doğru ola bilər. Gücümüzü diqqət alırıq. Ki, bəli, bəlli olan, mən ki Türkiyə, mən ki Azərbaycandayım, çıxdım bu işə, onun krediti mənim adıma vurulacaqdır. Onun fakturasını mən kəsəcəyəm kimlərin adına. Siz buyurduğunuz o formatda, yəni zəif hökuməti mərkəzdə, bəli, onda fərqlidir. Sonra qüdrəti sərkub o qədər yoxdur. Vaxtı qüdrəti sərkub yoxdur, meydana çıxandan sonra kim adamın qabağını alacaqdır ki? O formatda bəli, əlbəttə siz buyurduğunuz kimi. Sözlü fəqət şəkər kəsin, mən 25 dəqiqə vaxt qutaracaqdım. Tamam, mən 3 dənə tıqqılı sual soruşum, tutaraq bu bölümü gələk. Çox bağışlayın. Ərz edeyim xidmətinizə ki, 3 dənə də deyilmiş, 2 dənədir. Rəqiblərlə əməkdaşlıq eləmək imkanınız varmı? Bəli. Ərzələrdən buyuraq. Qalıb indi şəraitə, qalıb o ləhzəyə, məkana, əməkdaşlıq mövzusuna. Məsələn, qoyun elə ərzəyim xidmətsiz. Bir ara bir söhbət gəlmişdi, belə burada tərh olunmasında da bir sakınca yoxdur. Ki, Kürt təşkilatlarının bəzilərinin təşkil gəlmiş gəlin oturaq, bir qarquru təşkil verək. Mövzu nə mənədir? Urmunun təşkifi müşəxəs eləyək. Ki, buna urmunu nə cür biz həll eləyək? Urmu haqqında bundan belə siz nə deyəsiniz, biz nə deyək? Sonra biz ona getmədik. Və bildiyim qədər də heç bir təşkilat gəlməsin. Yəni, mövzu elə bir tərih mövzudur ki, əslən milli mənfəətimizdən tamamilə üst-üstə düşür. Yəni, mən urmun cəhsindən müzakirə eləməyəcəyəm ki, və müzakirəlik bir zat deyil. Bəli, ola bilər, ayrı bir mövzu tərh olunar ki, bayaq ərzələdiyim kimi. Amma deyirik, Tehranda aksiya quraq, tamam. Gəlin danışıq, hər işin bir tərəfindən yapışsın, qabağa gedsin. Gözəl. Siz təşkilatda Güney Azərbaycanın siyasi təşkilatların ki vardı, o sizdən sonra 11-12 dənə vardı, fəallardan danışıram. İstiqlalçı, federalçı, İrançı, qanunlarçı, filancı, bəhmancı, bunları düşmən görürsünüz ya rəqib? Düşmən ki, heç birini görmürük, görə bilmərik də inşallah ki, heç bir təşkilat düşmən görməsin. Binoy rəqabət ola bilər, niyə ki yox? Rəqabət müsbət anlamda çox da gözəldir. Yəni, mən baxan filan təşkilat görürəm, filan müsbət işi görübdür, mən də müsəlləmən ruhiyyələnirəm, qoy mən də daha yaxşısını görürüm. Bayaq, misal sonra cüzvələrdən misal vurdunuz, ola bilər, mən baxan filan təşkilat filan sahədə, filan uzmanı gətirib onu danışdırır, filan təşkilatda uyardır, mən də daha fərqlənirəm ki, bəli, mən də gedim o sahədə daha çox çalışır. Yəni, rəqabət mənfi anlamda yox, müsbət anlamda qətlən özümüzü rəqib bilirik, onlar da özümüzdə rəqibdir ki, müsbət sazında bir rəqabət olsun və mənfi kəsinliklə. Gözəl. Ərz edeyim ki, o işarə edədiniz manifestdə, sizin də manifestdə Güney Azərbaycan İstiqlal Partisinin manifestini mən oxumuşam. Hududən 90 səhifədir. Çox böyük bir və gözəl tərifləri var içində, insafən. İnsafən mən ləzzəti tapardım. Oğuz bəy Türk çox əsas bizim dəyərli yazarlarımızdan, dəyərli fəallarımızdan və dəyərli siyasi bilim sahiblərimizdən də Oğuz bəy Türk Cəbr Təşkilatının adına fikirlərim ki, onun çox böyük zəhmətdə, hörmətli Oğuz bəy təşkili və çox dəyərli bir iş ola bilər. Çox dəyərli işdir. Yəni, mən arzu edirəm ki, məsələn, partilər onu görələr, açıqdır da, hamı oxuya bilər, görələr və nə deyərlər, çalışarlar, ya o tür bir şey yazarlar, ya da heç olmaz onu copy-paste elərlər. Yəni, ən azı bu olar da. Biz də bunun kəlmələri biraz buradan, biraz oradan dəyişərik, özümüzünki elərik. Çox sağ olun, təşəkkür edirəm. Mənim sorularım qurtardı. Sabahları eyni zamanda görüşəcək. Sabahları inşallah eyni zamanda. Fəqət icazə buyursaz 3-4 dəqiqəlik bəzi yoldaşlar sual yazmışlar. İcazə buyursaz mən onlarda bir toxunum. Çünki bəzən not götürmüşdüm. Buyurun. Yəni sayılışda bilirəm, əlbəttə qurallara qarşıdır. Yəni o sualları tamam. Yox. Əgər mövzumuzla ilgili olsa, irad yoxdur. Bir yoldaşlarımızın birisi soruşmuşlar ki, bu dinə baxışınız necə təşkilat olaraq? Ki, mən ərz elədim söhbət. Onu sonuncu bəhslərimizdə gələcəkdir. Onu geniş dini bəhs edəcəksiniz. Ondan sonra yoldaşların birisi soruşmuşlar, solçular niyə milli hərəkətə yaxşı yanaşmırlar, ya nə cür? Normalda biz bunları danışmırıq, çünki nəqd eləsək şərəfi onları çağıraq gələrlər burada, onları nəqd eləyək, ona görə çalışmırıq. Yəni görürsünüz da, yəni
Bəli, mən fəqət yazdıqlarımı keçəcəm. Buyurun, Yoldaşlarım birisi də buyurun, buyurmuşlar ki, buyurun. təşkilatlara niyə rəqabət deyirik, niyə həmkarlıq demirik? Çox gözəl söhbətdir. Dəqiqən mən də qatılıram. Həmkarlıq da yerində olmalıdır. Belə hər həmkar da rəqib ola bilər. Eyni bir futbol timi ki, bir nəfər oynayır, bir nəfər də zəxirədə oturur. Onlar həmkardırlar, eyni halda rəqibdir. Çünki hər birisi istəyir daha çox oynasın. Yəni rəqabətlə həmkarlıq bir-birinin yanında gələ bilər. Hörmətli İrəz bəy Paşa burada bayaq buyurmuşlar ki, nə zaman qurtuluş günlərimiz gəlib çata bilər. Onun fəqət icazənizlə buna da toxunum. Qurtuluş günlərimizdə çox-çox az qalıbdır. Düzdür, biz danışdıq, azad olaraq Güney Azərbaycan coğrafisindəki olan türkləri diqqətə alırıq. Və o biri türklərin də hamısının gözümüzün işığıdır. Onların da azadlığı elə bizim azadlığımız da onların azadlığıdır. Qurtuluş günlərimizin bir balaca nişanəsini elə buradan ala bilərsiniz. 1385-ci ildə Təbrizdə aksiya keçirildi milyonu, sonra Urumda oldu, sonra biraz Tehranda oldu, Ərdəbildə oldu, Zəncanda oldu, biraz Sulduzda oldu və bunlarda oldu. Amma Fitilə olaylarında 1397-ci il, 6-cı il, ya 92-ci, 90-cı illərdə çox keçməmişdi üstündən. 6 il, 7 il. Fitilədə 60 şəhərə yaxın Qumda bizim təzahüratımız oldu və Şirazda birinci dəfə Qəşqaylar Ustandarının qabağında təhəssün elədilər. Oturdular, yolu bağlatdırdılar. Bu qurtuluş, bunlar hamısı qurtuluşumuzun çox yaxın olmağından bir nişanələrdir. Bu uyanış, bu şiddətlə ki, gedib bunun qabağını heç kəs dayandıra biləməz, fəqət zaman söhbətidir. Gecə tezi varam olacaq inşallah. Çox sağ olun, təşəkkür edirəm. Bu son cümlə məhşər idi. O 60 şəhərə işarə eləmək və bu ki, biz bilirsiniz, mən bunu dəfələrcə ərz eləmişəm. Biz hərəmizin oyanış tariximiz var. Yəni nənədən doğulub hamımız elə oyanışa gəlmirik. Çox az ailələr var ki, beləsidir. Əlbəttə indi cavanlar bu cürsüdür. Yəni gənc uşaqlar ki, evlənirlər, onlar milli hərəkəti tanırlar. Uşaqları indi onların evində doğulur. Amma məsələn biz mənim yaşımda olanlar, sizin yaşınızda olanlar ata-anamız mümkün idi pan-İranı istəyirdilər. Heç əsən siyasət bilmirdilər nədir? Biz oradan zamanı var, tarixi var. Bir tarixdə qoşulmuşuq. Şəhərlərimiz də bu cürdür. Kətlərimiz də bu cürdür. Elə onlar da bir tarixləri var, qoşulurlar. Və bunu biz şəhərlərin çox hər məsələn bu seçkilərdə belə türk danışmaq, mən türkəm demək o yayıldı ha şəhərlərdə. O da çox məsələ idi. Sistan, Bəluçistan'da 50 dana türk var, 200 dana, 500 dana türk var. Yığışırlar orada məsələn türkçülükdən danışırlar. Bu çox önəmlidir. Yəni bu bizim zəfərimizi göstərir. Bu bizim o söyləmimizin İran söyləminin üstündən aşıb gedib, onu yıxıbdır əslində. Onun səddini yıxıbdır, özünün yolunu açıb gedibdir və bu gəlib, doğrudur. Biz inşallah bu millətin ümidi ilə, hərəkəti ilə o dövləti quracağıq. İnşallah. Sağ olun, təşəkkür edirəm, var olun. Siz bu günləri milli ərdəmli unvanını qazandınız. Mən burada yazıram. Ərz eləyim ki, İnşallah gələn günlərdə bunun davamına şahid olacaq. Siz də gəlib istəsəz təşrif parasız işiniz var. Mən bir 5 dəqiqə gəndə partiləri müəyyən edəcəyəm, bunların imtiyazlarını deyəcəyəm və gedəcəyik. Gələn minnətdarlığımı bildirirəm, inşallah sabah görüşmək. Sağ bütün izləyicilərimizə bildirirəm ki, uzun vaxt oturdular və söhbətlərimizi də, yəni mənim söhbətlərimi dinlədilər. Təşəkkür edirəm. Sağ olun, var olun. Təşəkkür edirəm. Təşəkkür edirəm. Əziz və hörmətli dostlar, bu günləri Əmir bəy Mərdani cənabları ilə Azərbaycan Öyrənci Hərəkatı sözcüsü olaraq görüşdük, danışdıq, gözəl bəhslər keçdi, öyrəndik. Mənə iki şey çox maraqlı idi. Bir ki, bu təşkilat çoxlu qonularda cüzbələr yazıbdı. Bu özü çox böyük bir addımdır. Niyə ki, dostlar, baxın, tətbiq, yazı danışıqdan çox önəmlidir. Yəni, biz indi burada danışırıq, yüzlər min saat, məsələn, Skype-da danışılıbdır, filan yerlərdə danışılıbdır, müxtəlif yerlərdə danışılıb, keçən 30 ildə, 20 ildə. Amma məsələ budur ki, məktub olmadığı üçün ortada bir danışıqda ya bir adam istəyə bir şeyli yoxdur. Biz də burada indiki danışırıq, hədəfimiz bu deyil ki, şəfahi qalsın. Amac budur ki, buradan kitab çıxsın.
Hər partiyə bir kitab. Əlbəttə indi dostlar, müxtəlif dostlar buna önərilər verirlər. Məsələn, dostlardan biri universitet hocasıdır. O deyir ki, birinci sualı yazın. Hər neçə parti ki, gəlib, məsələn, bizim 7 parti suallarımıza cavab verir. Deyir, 7 dənə cavabı adın yazın. Məsələn, İstiqlal Partisi bu, Azərbaycan Demokrat Partisi bu, Azərbaycan Mərkəz Partisi bu, Güney Azərbaycan Qurtuluş Partisi, Milli Qurtuluş Partisi bu. Bu türlüsü. Hamısının cavabın o cürüsü yazın geçsin, bəlli olsun ki, bir suala tüm partilər nə cavab veriblər. Bu, məsələn, biridir. Biri budur ki, suallar yazılır, bir sual yazılır, onun cevabı bir hizbin, bir partinin sual yazıldı, cevabı gelsin. Sonra altında təhlil de yazılsın. Yani mənim təhlilim ona göre yazılsın. Ya şeyim yazılsın ki, burada ne var, ne yoktu, ne kəstirdi filandır. Bu da məsələn bir şeydir. Eləyə bilər məsələn bu online da qoyulandan sonra daha çox yazılar. Çünki komment bölümü açıq olsa çoxlu bu cür bir şeyler yazılar və o partini gücləndirər. Məsələn, bu da bir düşüncədir gəlir. Məsələn, düşüncələrdən biri budur ki, kitablar 4 dildə çıxsın. İngiliscə, farsca, ərəbcə və türkcə. Bu 4 dildə çıxsın ən azı. Yəni, niyə? Çünki biz bir məktub bir yazı düzəldək ki, insanlar bunu danışqah ya hətta mühəqqqiq bir dənə adam istəyir görsün ki, Azərbaycanda filan şey haqqında nə düşünülür? Bir dənə siyasi, bir dənə ayrı dövlət. Bilirsən, Ərəb dövləti, İngilis dövləti, filan dövləti, bir dənə dövlət, Çin dövləti, Rus dövləti istəyir ki, Azərbaycanda nə geçir? Hardan biləcək? Gələcəkdir burada, müraciə edəcək kitaba. Çünki kitab yazıdır, yazı mədrəkdir, sənətdir. Amma söz sənət deyil. Niyə? Çünki adam deyə bilər ki, məsələn, gördünüzdə bugün qonağım dedi ki, mən filan şey nə mənidir, mənzurunuz nədir? Mənzurunuz nədir? Yəni ki, bu sual açıq deyil də, adam dəyişdirə bilər cavabını dəqiqə başı. Yəni, mən bir cavab vermişəm bir suala, onu hey dəyişdirə bilirəm. Hər şey sorsa mənzurun nədir? Belə demirsən, yox, belə deməmişəm, mənim mənzurum budur. Amma məktubda deyə bilməsəm, bu kəlməni yaşlatmışsan, bunu ağıl üstü ilə işlətmişsən ya yox. Canlı değildi ki orada deyəsən. Bu bir tane yazıydı. Oturmuşsan üstüne fikirləşmişsən. Bu kelimeleri seçmişsən. Bu cümləni düzəltmişsən. Onun için bu çok önemlidir. Her halde dostlar biz bu projede Güney Azərbaycan ve İranda yaşayan Türk millətinin müxtəlif siyasi təşkilatlarını dəvət elədik. Təşvik etsinlər. Mahmud Əli Çehriqani, Döktür Mahmud Əli Çehriqani cənabları yazdılar ki, çətli olarak ya da bir şey səs qoydular ki, içəri ilə, eşiklə əzalarla danışacaqlar, sonra cavab verəcəklər. 4 aydır hududən cavab gözlürük. Bir dənə ayrı partide deyib ki, gəlməyəcəyəm, o da əvvəlcə deyib gəlməyəcəyəm, umaram ki, gəlsinlər. Salih bəy İldırım cənabları Güney Azərbaycan İstiqlal Partisi tərəfindən ən başda dedi, mən hazırım gələm və gəldi. Ondan da öncə manifestlərini göndərdilər mənə. Bunu oxu bilginən. Sonra da gəldilər, suallara cavab verərlər. Bilirsiniz, fərqi budur. O ki, əvvəldə gəlir, heç təcrübəsi yoxdur ki, qabaqçılar nə deyiblər. Amma indi, məsələn, o ki, axirdə gəlir, qabaqçı partilərdən sorulan sualları və sorulan və verilən cavabları görə bilir. Yəni, zehnində bir şey var. Aha, bu bunun zəfidir, bu bunun qüvvətidir, mən burada nə etməliyəm? Amma o parti ki, əvvəldə ikinci, üçüncü gəlir, bunlar tazadırlar. Yəni, bunlar o sualları özləri hər şeyi düşünüblər, gətiriblər, qoyublar, çox ağırdır. Onun üçün və tamam sorulara cavab veribdi İstiqlal Partisi. 500-ünə də 6 cələsə huzuri, qalan cələsələri qeyri-huzuri, yəni özləri öz vaxtlarında doldurublar, göndəriblər səs olaraq. Biz də onun üstünə əks qoymuşuq. Dostumuz var, Güney Azərbaycan Səsi sayt və səfəsinin müdürü, kanalı YouTube'da vardı. Bu dostumuz zəhmət çəkir. Dostlar, xahiş edirəm, Güney Azərbaycan Səsi kanalın YouTube'da gedin, subscribe eləyin. İndi televizyonunda yayılır. Yenə deyəcəm,
Az News'dan da yayılır. Oradan da yayılır. Orada da əlbəttə gəlir. Gedin subscribe edin lütfen. İnsanlarımıza milli hərəkətdə çalışan, bizlə müvafiq olaraq olmayan, düşüncələrin təyid eləyək ya eləməyək. Hər kəs ki milli hərəkətdə çalışırsa, dostlar, bir şey yazırsa, əgər oxuduqsa, əgər baxdıqsa, əgər hətta baxmadıqsa, gedək himayət eləyək. Çünki düşmənin qarşısında güclü görsənməliyik. Və bunu şey görməyək, yəni pis görməyək ki, mən niyə buna güc verim, bu ki məndən müxalifdir. Qoyun mənlə müxalif olan düşüncə belə güclü görsənsin. Çünki bizim hamımız birlikdə bir düşmənə qarşı, İran, pan-İranistlərə qarşı, pan-farslara qarşı, o sistemə qarşı savaşırıq. Burada bizim güclənməyimiz bir nəfərin güclənməyi deyil. Kolleci, demirik ki, edin söyüş verənlərə, coş deyənlərə like vurun ya onları təyid edin, subscribe edin. Çünki onlar bizim milli savaşımızda, bizim yanımızda deyirlər. Onlar əslində bizi təhqir edirlər, bizi kiçildirlər, bizi əşaya çəkməyə çalışırlar. Onlar Doğuzdular ki, Doğuzla güləşsən sən batarsan. O ki, elə Doğuzdur, Doğuz elə Doğuzxanada tövlədə yatır da həmişə. Onunla güləşmək sizi yıxar. Amma bir dənə milli hərəkətdə çalışanla, yazanla, musiqiçisi ilə, nəqqaşı ilə, hər nə, şairi ilə bunlarla işləmək, onları gücləndirmək, onları düşmən qarşısında biz millətimizin liderlərinə, onlara lider deyək, baxın, onlara sahib çıxmalıyıq. Bu da önəmlidir. Hər halda İstiqlal Partisi 11 cələsə gəlibdir. Birində Günas TV-nin adını çəkdiyi üçün mənfi nömrə alıbdır. Yəni 100 alacaq idi, 50 alıbdır. Qalanın hamısında 100 alıbdır. Biz 100-ə deyirik milli ərdəmli, 50-yə deyirik ən ərdəmli, 0-a da deyirik ərdəmli. Oradan aşağıya mənfi nömrə veririk. Mənfi 1, 2, 3, ta 10-a qədər. Əjdər bəy Təqizadə cənabları Güney Azərbaycan Demokratik Türk Birliyi Təşkilatı Başkanı olaraq söz vermişdilər. Gələcəklər, gəlmədilər. Sonra əməkdaşların, Avustraliyada olan əməkdaşların mərif elədilər. Onlarla da olmadı. Nəticədə 10 mənfi, hər gün 10 mənfi, 60 mənfi aldılar. Yunus bəy Şamili cənablar, umarım gəlsinlər. Umarım gəlsinlər və sorulara cavab versinlər. Ya da ki, gəlməsələr də kətbi yazsınlar. Sorular onlardadır. Kətbi yazsınlar, göndərsinlər. Biz onu kitab ediyoruz. Özləri kitab eləsinlər. Yəni, heç şey yoxdur. Soruların copyrighti yoxdur ki, yox, özləri bizim suallarımıza kitab verib çap eləyə bilməzlər. Yox, sual versinlər, çap eləsinlər, öz adlarına kitab çap eləsinlər, biz də götürüb oxuyaq, ayrı adamlar götürsünlər, oxusunlar. O çox da gözəldir. Yunus bəy Şamili Azərbaycan Demokrat Partisi tərəfindən 5-6 gün gəldi. Bir gün Gökür Çehriqanın adını çəkdik üçün mənfi nömrə aldı, yəni %50 aldı. Amma qalanlarında %100 aldı, milli ərdəmli aldı, 5-də, birində ən ərdəmli. Salih bəy və o gündən bu günə cavab verməyiblər. Umarım cavab versinlər. Çünki biz bu həftənin sonunda, yəni gələn çərşənbə günü Azov təşkilatının başqanı ilə, sözcüsü ilə sözümüz qurtulandan sonra başlayacaq kitabların hazırlamağına və umarım ki, dostlar için cavab verməklə versinlər ki, eləyə bilək. Əvvələn televizyonda yayılsın, ikinci kətbi də versinlər ki, kitab eləyək. Salih bəy Kamrani cənabları Azərbaycan Mərkəz Partisi tərəfindən 5 gün təşrif gətirdi. Hər 5-ində də milli ərdəmli nişanın aldı və eyni halda bizim programı da gəlməmişdən öncə, yəni İstiqlal Partisinin başlayıblar, yayırlar və mən bildiyim qədər keçən günlərdə Döktür Məhəmməd Hüseyn Gəhyayini, yəni Azərbaycan Demokrat Firqəsinin videoların, müsahibələrini yayırdılar. Və təqdirə şayan, ehtirama şayan, gedin bu kanala subscribe edin, üzv olun, bərnamələrini görün, nəqdiz olsa nəqdizi yazın, himayətlərinizi göndərin. Çox önəmlidir. Onlar zəhmət çəkirlər. Tamam televizyonlarda, radyolarda, yazarlarımız hamısı zəhmət çəkir dostlar. Və sizlərdən parasını almırlar. Əgər siz Amerikada, Kanadada olsanız, istəyəsiniz bir televizyona baxasınız, ona pul verməlisiniz. Aylıq verməlisiniz. Torontoda bir dana kanala baxırsınız, məsələn, televizyon mən istəyəm alam,
Mən indi internetlə baxıram, çünki internetə pul verirəm, daha televizyona vermirəm. Amma istəyirəm televizyon alam, ən ucuz alacağım package ilə 5-10 dana televizyonu yığıblar ora, onu alırsan, məsələn olur $34 ayda. İldə $400 məsələn. Amma istəyirsən düzəməlli bir package alırsan, içində həm xəbər ola, həm film ola, həm uşaq ola, həm vərziş ola, sport ola, o $100, $120 ayı. Yəni ildə $1200, $1300 çıxır. Onun üçün bunların qədrin qiymətini bilək. Bu insanlar zəhmət çəkirlər və bizə zəhmət çəkirlər. Farslara zəhmət çəkmirlər, dostlar bunlar. Onun üçün bunların qədrini bilək. Eldar və Qaradağlı cənabları Güney Azərbaycan Milli Qurtuluş Partisi tərəfindən başkan olaraq təşkil edirlər. 6 gün və hər 6 gündə, hər günündə 4 saat və sonra da başladılar göndərirlər və biz onları video eləməyə çalışırıq. Həmin dostumuz ki, adını çəkdim, Güney Azərbaycan səsi bunları video edir, edit edir və çox gözəl bir backgroundla səsinin zadını, hər şeyini düzəldir, qoyur ora. Çox zəhmət çəkir. Hər halda 6 günün altında Milli Ərdəmli, o birisilərdə də Milli Ərdəmlidir. Çox cəlib. Eyni halda o birisilərdə hərdən bir məzə də atır. Yəni dostlar için qulaq asıblar, deyirlər ki, çox belə Eldar bəyin danışıqlarında insan təfənnün deyilir. Yəni yorulmur. Çünki adam bir şadlıq da qatır ortada. Azərbaycan Milli Dirəniş Təşkilatı Başqanı Məcid bəy Cəvadi cənabları mütəəssifanə mənim yanlışım üzündən gəlmədilər. Özümə gərək mənfi verəydim. Mənim özümə gərək siz nömrə verəsiniz. Mənfi alıram burada, düzün axtarsaz. Mən işimi düz görməmişəm. İşimi düz görmədiyim üçün günahı boynuma almalıyam və onlarda günah yox. Haşim bəy Bilgin cənablarını dəvət elədik. Kəşf gətirsinlər. Azərbaycan, Güney Azərbaycan Liberal Demokrat Partisi bir düşüncədir. Önəmli düşüncədir. 2 gün danışdıq, amma biraz səviyyələrimiz iki tərəfli olaraq bəlkə aşağı gəldi. Onun üçün daha davam eləmədim bu müsahibəni. Amma istəsələr sözlü, yazılı olaraq göndərsələr yayılır. Kitab elər. Sadıq bəy İsabəyli cənabları Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi tərəfindən təşrif gətirirlər. 5 gün Milli Ərdəmli unvanını qazandırlar. Hər 5 gündə söz veriblər ki, yazılar göndərərlər. Umaram ki, yazsınlar ya səsli göndərsinlər. Mahmud bəy Bilgin cənabları Güney Azərbaycan Demokrat Partisi tərəfinin başqanı olaraq qərar ilə gəlsinlər. Mütəəssifanə gəlmədilər və hər gün 10 mənfi aldılar, 60 mənfi toplam qazandılar. Döktür Məhəmməd Hüseyn Yahyayı Azərbaycan Demokrat Firqəsi bu proqramda sözcü olaraq, yəni mövqeyyətləri partidə sözcü deyil. Amma bu proqrama parti tərəfindən sözcü olaraq müəllifi olub gəldilər. 6 gün, hər 6 günün altında Milli Ərdəmli unvanını qazandılar. Təşəkkürlər və sağ olsunlar. Və bu gündən Azərbaycan Öyrənci Hərəkatı sözcüsü, Azov təşkilatının sözcüsü Əmir bəy Mərdani cənabları bu gündən proqramımıza qatırdılar. Vaxtlarının məhdud olduğuna görə və belə işə getmək məcburiyyətində qaldıqlarına görə zamanımızı onun zamanından, üzründən çeyiririk, qoyuruq və gedirik qabağa. O da o partilər ki, təşrif gətirməyiblər bu günəcən, hansısı yazsalar, göndərsələr, onları tərcümə edib başqa dillərə kitab çevirməyə, edit eləməyə, kitab şəklində yaymağa cəhdimizi eləyəcəyik o birislərlə bərabər. Yəni, bu üçü gəliblər, gəlməyiblər, mənə şəxsən önəm daşımır, mənə onların düşüncələri önəm daşır. Onun üçün hamısından burada bir daha xahiş edirəm, əgər mən qüsur eləmişəm, əgər mən başarmamışam, əgər müdiriyyətim yaxşı olmayıbdır, əgər davranışım yaxşı olmayıbdır, hamısından burada sizin qarşınızda və televizyondan yayılacaqdır millətimin qarşında üzr istəyirəm. Və yenə də xahiş edirəm ki, bu hərəkətə qoşulsunlar, sorulara cavab versinlər, ya göndərərlər, biz bunun yazmağına, tərcümə eləməsinə, ayrı dillərə və yaymağına çalışarıq, ya da ki, özləri elə sorulara cavab versinlər. Heç olmasa sorular 500-dür, 300-ünə cavab versinlər, 400-ünə cavab versinlər. Bəli, sorulara cavab versinlər,
millətimizdə bir düşüncə sisteminin geniş və dərin yaşamasına əlbirlikdə çalışaq. Çünki düşüncə dərinləşməsə, inkişaf etməsə, bir-birimizdən öyrənməsək, düşüncələr bir-biri ilə toqquşmasa sinerji çıxmaz. Sinerji ilə enerjinin fərqi nədir? Dostlar, əgər diqqət buyursanız, görürsünüz ki, bir nəfər bir dənə 100 kilo qozur. 2 dənə adam məsələn hərəsi 100 kilo qozur, 200 kilo. Amma bu adamlar görürsünüz ki, məsələn 2 nəfər, 3 nəfər, 5 nəfər yığışanda bir dənə 1000 kiloluğu tərpədirlər. Yəni əslində bunların hərəsi, məsələn görürsünüz bir dənə maşın aşıbdır. O maşın məsələn 3 ton, 4 ton vəznidir, ağırlığıdır. O 3-4 tonu məsələn gərək 40 nəfər qozuyar. 30 nəfər ta 40 nəfər adam hərəsi 100 kilo qozaya bilsə, gedirlər onu qozuyar. Amma görürsünüz 10 nəfər o maşını diki götürürlər, qoyurlar xiyabana. Niyə? Çünki 10 nəfərin gücü 1000 kilo deyil. 10 nəfərin gücü sinerji yaradır. Yəni güclərin bir-birə toplaşması özü neçə qat gücə çevrilir. Və bu sinerjidən görürsünüz ki, 10 nəfər eləyə bilir ki, bir dənə 2 tonluq, 3 tonluq, 4 tonluq maşını götürüb qoyarlar xiyabanın ortasına. Ayaq üstə deyirlər ki, yallah, dur getçinə. Bu sinerjidir. Bizim də hizblərimiz, partilərimiz düşüncələri bir enerjidir. Bunlar bir-birinə gəlib toplananda bir yerə bir sinerji yaradacaqlar. Bu sinerji bizim toplumumuzu, millətimizi alıb çiyninə İrançılıqdan Azərbaycançılığa, işğaldan istiqlala götürəcək. Və bunu biz hamımız əl-ələ verərək bunu yaradacağıq. Əziz və hörmətli dostlar, sorularınızı gördüm. Hətta gördünüz ki, qonağımız da sorularınızı yazmışdı. İstirdi cavab versin. Bunların bir çoxuna biz geniş cavab verəcəyik. Məsələn, din haqqında bir öz bölümdür. Məsələn, mümkündür 40 dəqiqə din haqqında adam danışacaqlar. Cavab verəcəklər, ya yazacaqlar. Biz bunu alacağıq, sizlərə göndərəcəyik və sizlər televizyondan da bunu görəcəksiniz, kitab olaraq görəcəksiniz. Bəlkə imkanımız olsa PDF olaraq da yayacağıq və açıqlayacağıq. Ehtimalən bunların bir web saytı olsun. Əlbəttə bir web sayt qərarlı hazır olsun. Orada həm bu videolar qoyulacaq, yüklənəcək ora, həm yazılar yüklənəcək olacaq və bir danışqah kimi bir sistem düşünürük. Yəni əslində bu üçün mən bu günləri bu dostlarla danışıram, bu böyüklərimizlə danışıram. Bu əslində bir dənə danışqaha, online Güney Azərbaycan danışqahına materiallar hazırlayırıq. İnşallah o web sayt, o sistem hazır olsa ki, umaram dostların əlbirliği ilə hazır olsun. Mən öz bölümdə öz işimi görürəm. Ki, bir gün olsun ki, birdən biz orada 4 dana, 5 dana konuda lisanslıq dərs qoya bilərik. Yəni siz fərz buyurun ki, ələn neçə dana parti olur? 1, 2, 3, 4, 5, 6, 7, 8 parti cavab verir. Əgər səhv eləmirsəm. 8 parti hərəsi 30 saat danışsa ki, əlbəttə çox danışırlar. Hududən 40 saata yaxın hərəsi danışır. Yəni 300 saat 300 saatdan biraz o yüz bu yüz. Lisans dövrəsindən çox burada şey olacaq. Program olacaq. Dərs olacaq. Və bunlar, siz bunu baxın, həm siyasət var bunun içində, həm hüquqi beynəlmiləl var, həm hüquq var, həm anayasa genəcür baxarlar. Yəni çoxlu şeylər burada gəlir, gedir ki, siz danışqahda bunları çoxunu oxumursunuz. Həm sekularizm var, həm din var, həm sərmayedari nədir, həm kapitalizm nədir, həm liberalizm nədir, həm marksizm nədir, həm leninizm nədir, Rusiya ilə nəcürük, Çin ilə nəcürük, Hind ilə nəcürük, Pakistan ilə nəcürük, Türk dünyası ilə nəcürük, Amerika ilə nəcürük, Fransa ilə nəcürük, İngilistanla nəcürük. Bunlar hamısı sualdır. Dünya gücləri ilə Sazman-ı Milal nə deməkdir, İran nə deməkdir, Azərbaycan nə deməkdir, İranlı nə deməkdir, Azərbaycanlı nə deməkdir, Türk nə deməkdir. Baxın, minlər konuda ki, siz onları danışqahda indiyəcən oxumamışsınız, hətta İranda ulum siyasi oxuyanlar belə oxumayıblar. Bir də ki, tarixlər vardır. Məsələn, deyir ki, düşüncə tarixi. Düşüncəli, məsələn, filan fəlsəfə tarixi. İndi də bizim burada Güney Azərbaycan siyasi təşkilatlar tarixi oxursunuz eyni halda.
Yəni bu bizə böyük bir imkan yaradacaqdır toplumumuzda o dedim sinerjinin yaranmasına və bu sinerji umaram belə umaq, belə çalışaq ki, bizi bir nöqtədən istiqlal nöqtəsinə götürsün. Əziz və hörmətli dostlar, sabahları Təbriz vaxtı ilə 8-də ya 8:30-dır. İndi onu tapmaq biraz zor olacaqdır. Bugünkü başladığımız bizim Toronto vaxtı ilə olur 1 olanda orada olur 8:30 fikir elə. 8:30 Təbriz vaxtı ilə xidmətinizdə olacağam və Əmir bəy Mərdani cənabları ilə bəhsimizi davam edəcəyik. Gecə xeyrə qalsın, görüşmək ümidi ilə hələlik.